Selamun aleyküm. Salam əziz və hörmətli dostlar, xoş gördük. Necəsiz? Umarım keyfiniz sazdır, yaxşısınız. Haşim bəy gəldilər, təşrif gətirdilər. Haşim bəy, əgər imkansa bir salam eləyik orada yazsaz, mən sizi çağıra bilim. Tamam. Haşim bəy gəldi. Tamam, təşəkkürlər. Umarım ki Haşim bəy gələ bilsin. Bir dəfə də çağırırım Haşim bəyi. Buradan mən çağırırım Tızışdan. O salam yazanda icazə verir ki, çağırmağı rahat olsun. Umarım ki gəlsin. Bu 4-cü dəfədir. Bir dəfə də çağırırım mən. Bəlkə internet zəifdir, ya orada, ya burada, ona görə bir vaxt gəlir, amma mən bir dəfə də çağırdım. Salam aleyküm. Əziz dostlar, bir baləcə Pezeşkiyana işarə eləyəcəm, çox qısa, bəlkə qonağımız da bir baləcə işarələr, qısa bir 3 dəqiqəlik, 4 dəqiqəlik. Bizim konumuz Pezeşkiyan seçkilər deyil. Onun üçün ona biz çox ciddi yanaşmırıq. Deyəcəm da kimya, amma icazə buyurun əvvəl qonağımızı gətirə bilsək. Haşim bəy bir daha çağırdım. Əziz və hörmətli dostlar, salam ərz edirəm. Hər kəs ki bu günləri salam aleyküm, salam aleyküm. Salam da, xoş gördük. Necəsiz? Yaxşısınız, halınız yaxşıdır. Təşəkkür edirəm. Sağ olun, var olun. Haşim bəy, bir baləcə mən bir müqəddəmə ərz edeyim. Biraz da bu Pezeşkiyana görə danışım. Adlıca. İkimiz üst-üstə bir 10 dəqiqədən çox danışmayacağıq bu iki məsələni. Dostlar, biz bu həftə qərar edirik, yəni cümə günü, şənbə, bu günlər yekşənbədir, sabah doşənbə, səhşənbə, çərşənbə. Bu günləri qərar edirik ki, Məcid Cəvadi cənabları ilə, Azərbaycan Milli Dirəniş Təşkilatı ilə, başqanı ilə danışaq. Amma dedilər ki, bəxtləri yoxdur, imkanları yoxdur, hər halda gələ bilmədilər. Biz onlara nə nömrə verdik, nə bir şey. Çünki gəldilər, dedilər, gələ bilməyəcəklər. Tamam, biz də qəbul edərdik və nömrə də vermədik, rahat keçdik. Bir-iki gün sonra gördüm ki, bizim, yəni elə həman günlərdə gördüm ki, bizim sayın dostumuz Haşim bəy Bilgin cənabları bir canlı yayında, özlərinin yayınlarında bu programı nəqd edirlər və keçəcəyi, gələcəyi, indini, hamısı qatıqlar bir-birinə. Özləri ilə danışdım, xahiş elədim ki, gəlsinlər. Özləri dedilər ki, cümə axşamı gələ bilmirlər. Ondan sonra cümədə yox. Cümə gələ bilmirlər. Tamam, işgal yoxdur. Cümə gələ bilmirlər. Şənbə də bir müşkül var idi, gələ bilməyəcəklər. Bu yundan 3-4 gün bu əzizin huzurunda olacağam, bərabər danışacağıq. Bu o macəriyə ki, niyə Haşim bəy gəldi və Cavad bəy gəlmədi, onu açıqladım. Amma mən düşüncəmi seçkilərin haqqında belə xülasə deyim, dostlar. Bir əvvəl xahiş edib, dostlarınızı çağırın. Nə qədər insanlar çox gəlsə, düşüncə bəhsləri o qədər yer alar və toplumumuz düşüncəyə getməlidir. Biz intixabat özü, seçki özü bir düşüncə bəhsidir. Mənim düşüncəm budur ki, biz İran hakimiyyətinin anayasasına, qanunun əsasına etirazımız var, qəbul eləmirik yerindən köçürmək. Bunu da burada deyil. Mən bunu İranda da, danışqabda, dərs oxuyanda 1371-də danışqabda 2 seri konferans vermişəm onu. Yol. İkinci bu ki,
qudrət-i mutlaq, vilayət-i mütləq fəqihin əlindədir. Rəis Cümhur, Məclis, Şurayı Nigahban, Şurayı Xubriqanı rəhbəri, nə bilim, hamısı bunlar rəhbərin əlinin oyuncağıdır. Rəhbər üstə şahdan çox gücü var. Qanun əsası məşrutədə şahın gücü yoxdur. Şah numaddır. Vəzirdir, filandır. Bunlar da məclisə cavab verirlər. Burada bu qanun əsasıda rəhbər şahdan güclüdür. Hamı ona cavab verməlidir. O heç kəsə cavab verməməlidir. Yəni, bu qədər güclüdür. Onun üçün bu rejimdə Xatəmi gələ, Bənisət gələ, nə bilim, hər kəs gəlir, gəlsin, Əhmədinəcad gələ, Pezeşkiyan gələ, gücü yoxdur ki, dedikləri şüarları, verdikləri əməlləri icra eləsin. Qanunən yoxdur. Eyni halda arxasında güc yoxdur. Xatəminin arxasında bir solçu dediğin sol, yəni İranın içində sol, nəinki dünya cəhatında deyilən sol, bir sol ya İslamcı bir qəziyyə arxasındaydı. Çox Sipah-Pasdarandan, Vizarət İttilaatdan, qədim şeylərdən və Hövzə Elmiyyənin bir tərəfi onun arxasındaydı. Amma heç iş görə bilmədi. Axirdə dedi ki, mən tədarükçüyəm. Yəni ki, məsələn, mənə deyəcəklər, get filan şeyi al, gətir. Mən də onu alıb gətirəcəm. Bundan sonra mənim bir işim yoxdur. Onun üçün Pezeşkiyan olur, hər kəs olur olsun, hakimiyyətdə bir iş görə bilməyəcəkdir. Mən bunun üçün mən təhrimçiyəm özüm. Mən şəxsən İnsaf Əli Hidayət intixabatı təhrim edirəm. Cumhur İslamiyə rəy verməyin, Cumhur İslaminin kandidatlarına rəy verməyin. Rəy versəz, məşruiyyət verirsiniz. Onlar fəqət istəyirlər sizi görərlər, dürbünü qoyarlar, aparalar. Dünyaya görsə, baxın, bizim məşruiyyətimiz var. Bizə millət rəy verir. Müxaliflər 2-3 milyon, 5 milyon müxalifdə onlar da yalandılar. Hətta xanımlar da görürsünüz, gəlirlər, rəy verirlər. Bundan belə ki, xanımlar bu qədər vurubları öldürüblər. Bunu istəyirlər görsədələr. Amma bu intixabata şirkət eləməyindir. İntixabatın rəy günündən o yüzden şirkət eləyindir. Yəni o gün ki, gəldirir, sayırıq, Pezeşkiyanın bir belə rəyi var, Həsənin bir belə rəyi var, Kazımın bir belə rəyi var. Oradan bizim fəal şirkətimiz başlanır. Əgər Pezeşkiyan rəy gətirməsə, ya Pezeşkiyan öldürülürsə, bu halətdə biz xiyabanlara çıxıb etiraz eləməliyik. Çünki biz rejimi təhrim eləmişdik, millətimizi yox ki. Millətimiz əgər bir teyirdə, hətta %1-i gedib orada səs veribsə, biz o %1-in səsin deyirik, bu səsi niyə eşitməmişik? Və əgər bir fürsət yaranır, baxın dostlar, tarixdə biz bəzən fürsət yarada bilmirik. Biz xüsusən keçən yüzildə özümüz bir fürsət yarada bilməmişik. Ayrıları fürsət yaradıblar, o fürsətdən biz istifadə ya eləmişik, ya eləməmişik. Bunlar dostlar deyirlər, sən opportunisti fikir edirsən, mən opportunisti fikir edirəm. Mən fikir edirəm, o zaman ki, sən özünün qudrətin yoxdur, düşüncən o qədər olmur, imkanların o qədər deyil ki, bir dana tərrahlıq edirsən, mühəndislik edirsən, bir dana vəziyyət yaradasan ki, ondan faydalanasan, gərək gözləyəsən, görəsən, düşmən harada xəta edir, harada sənə fürsət yaradır, orada istifadə edirsən. İndi, məsələn, keçən illərdə bir yaşıl hərəkatı oldu. Bir böyük fürsət idi. İranın hər yeri, Farslar, Ərəblər, Bəluslar, ora, bura qatışdı. Azərbaycan bu fürsətdən istifadə eləmədi. Niyə? İdarə etdilər, Pasdaran, bizim içimizdə bir iddə milli fəal görsənənləri razı saldı ki, siz burada hərəkət eləməyin, Farslara qoşulmayın. Necə ki qoşulmayın? Kaş biz qoşulaydıq, orada yıxaydıq dövləti, deydik, bura Güney Azərbaycan, Türk Cumhuriyyəti. Amma bu fürsətdən istifadə eləmədik. Sonra gəldi, benzin məsələsi gəldi. İranın hər yeri qatışdı, Güney Azərbaycan oturdu ki, biz bunlara qatışmırıq, bunlardan pəhləvi istifadə edəcək, mücahid. Sizə nə ki pəhləvi vardı, mücahidin vardı, siz durun xiyabana, çıxın, öz haqqınızı alın. Çıxın, gedin, dövlətinizi qırın. Oradakı dövlət yoxdur, dövlət zəifləyibdir. Sən dövlət zəiflənən vaxtda bir iş görə bilməsən, özün istəyirsən, nə iş görəsən? Hangi zaman özün eləyə biləcəksən, bir fürsət yaradasan, gətirəsən hələ. Benzində də çıxmadıq, məhsadı, jiladı, nədir, onda da çıxmadıq. Ki, genə də məsələn, bunu Kürt yaradıb. Kürt yaradıb da, əgər İran dəyir bir-birinə, Ərəblər, Bəluslar, Kürtlər, Farslar, hər yerdə dəyir bir-birinə, yəni dövlət, mərkəzi dövlət, İranın mərkəzi dövləti zəifliyibdir. Yəni ki, sən duracaqsan, gedəcəksən şəhrində, radio, televizyon alacaqsan, ustadarını alacaqsan, fərmandarını alacaqsan, millətə də deyəcəksən, padiqanları alacaqsan, bir xəttə oxuyacaqsan, bura Güney Azərbaycan, Türk Cumhuriyyəti bu tartışıqdır. Başlayacaqsan, dövlətin burası. İndi Pezeşkiyan rəy gətirə, gətirməyə ehtimali bu üçün məmləkət qaçışı çoxdur.
Bu bizə rejim istəməyə Pezeşkiyan da onun əlindən çıxıbdır. Pezeşkiyan dostlar bizim qətarımıza minibdir. Bizim şüarlarımız ki, keçən 30 ildə biz bunlara ölü vermişik, bunlara şəhid vermişik, bunlara zindana getmişik, şikəncə olmuşuq, ailələrimiz dağılıbdır, qaçqın düşmüşük, qürbətə getmişik. Bunların hamısının şüarlarımızın, sözlərimizin nəticəsini indi kim yiyir? Pezeşkiyan istir yiyə. Bizim qətarımıza minibdir. Əgər ərəblər, əgər bəluslar, əgər kürdlər, əgər obrislər himayət edirlər bizim şüarlarımıza. Bizim şüarlarımıza Pezeşkiyanın bir şeyi yoxdur ki, sabiqəsi nədir? Məclisdə nümayəndə idi, obris nümayəndələrdən heç işdə görməyibdir. O bizim qətarımıza minibdir. Bizim qətarımızdan istifadə edir. Ondan görə indi biz buradan eləməliyik. Biz də deməliyik, əgər İranda bir şuluqluq düşsə, İndi bu çıxsa, Pezeşkiyan çıxsa müxalifləri töküləcəklər xiyabana, Pezeşkiyan çıxmasa Pezeşkiyançılar töküləcəklər xiyabana. Bizim də vəzifəmiz, mənim nəzərimə, düşüncəmə budur ki, bir dənə tarixi fürsət gəlir qabaqda. Bu tarixi fürsətdə çıxaq, şəhərlərimizə əlimizə alaq, Cumhuri Azərbaycan Cənubinin istiqlalını elan edək, dövlətimizi quraq, silahlanaq, hazır olaq savaşmağa. İndi ondan sonra da dövlətli, xarici dövlətlərdən istəyək, bizi rəsmiyyəti tanısınlar. Əgər ordu imkanları olsa bizə ordu göndərsinlər köməkliklərlə. Bu da bizim yolumuz olar ki, hələfə ilə hələlikdə farsların qabağında dayanaq. Mənim düşüncəm intixabatdan budur dostlar. Mənim təhlilim budur. Mənim təhlilim budur ki, biz müşarikət, rəy müşarikəti yoxumuz. Amma əgər bəzilər, məsələn, bir ərəb dostumuz dünənləri getmişdi, Türkül Pezeşkiyanı Əhvazda görmüşdü. Mənə zəh vurdu, neyniyək, neyniyək, mən əgər rəy verməsəm, məni şeydən ixrac elərlər, müəllimə. Amcışpərvəzdən ixrac elərlər. Dedik, Türkül Pezeşkiyana rəy ver. Əgər məcbursan rəy verəsən, Pezeşkiyana ver. Amma əgər məcbur deyilsən, özümün azadlığına, düşüncəvə ehtiram qoyursan, rəy vermə. Amma əgər sabahları İran şəhərlər içində bir savaş çıxdı, etirazlar çıxdı, rahpeymayilər çıxdı, vurdu bir-birinə, sən də çıx şəhərə, getginən öz işini gör. Sayın Haşim bəy, sizin düşüncəsi nədir bu haqda? Mən ilk öncə salam arz edirəm əziz dostlarımıza, saygıdeğer dostlarımın hamısına. Çox sağ olun, var olun ki, belə düzdür, mən bəyəndiyim şivə deyil, açıq onu deyəcəyəm indi də. Amma hər halda bir bərnamədir gedir və dostlar ki, qatırlar. Çox sağ olsunlar, maraqlıdır. Və inanıram ki, bir düşüncələrimiz bir-birinin üstünə ki, gəlir, ortaya çıxanda çoxlu maraqlı zatlar da ortaya çıxacaqdır. Məsələn, indi mən xoşum gəlmir bəy, Sayın Müəyyən deməkdən, lap açıq deyəm, İnsaf Əli bəy deyəcəm, qardaş. Siz də mən elə Haşim deyin, bəsdir. Çünki mən belə inanıram ki, çünki bir duvarları gərək götürək milli hərəkətdə. Yəni, bu ki, bir iddiaya müşəxəs Cinab Sayın xitab olma ki, o iddialar gələrlər, məsələni deyərlər, biz bəs Cinab Sayınıq, fərqimiz var opsilərlə. Biz bu məsələdə xalqımızın içinə yol açmağı, onlarla bir səfdə durmağımızı, bir həddə olmağımızı inanırıq. İnsaf Əli bəy, mən həqiqətən sizin danışıqlarınıza əvvəl buna deyim ki, öz müxalifətim nə üçün idi? Və o cürdə çıxışma ələni, yəni zədələdik. Bütün, yox siz, bütün partiyalar düşüncələrlə biz müxalifik. Biz liberal partiyası olaraq müxalifik. Və buna da düşünürük, və bunu düşünürük. Zaten biz bir camiamızda, bir içtimamızda bir iş görək, işimizin nəticəsini alaq. Məsələn, indi bugün Cumhur İslami gəlir, təbliğatın mərasiminə geçirdi. Bunlar, bir dəqiqə, əvvəl gəlin bu prezidenti qutaraq, sonra geçək öz bəhsimizə. Çünki o kəsilə bilər. Tamam, geçin orandan sonra qeyrək öz bəhsimizə. Mən buna geyirəm indi. Ki, baxın, Cumhur İslami gəlir, yəni Cumhur İslaminin babaları ki, ola BBC və OBS-lər, bunlara tərk verirlər, özlərini gəlib bir dənə modern bizat halətini görsədələr, modern İslam səhnəyə gətirib qoyacaqlar və o modern İslamı ki, bunlar gətirirlər, qoyurlar zahidə səhnədə, onların bu sistemin intixabatlarıdır ki, bir-birlərindən debat edirlər, bir-birlərindən münazirə edirlər.
Halbuki Türkiye 30 il bundan qabaq AK Parti hökumətə gəlməmişdən qabaq partiyalar bir-birlərlə, ideolojilər bir-birlərlə debat elədi. AK Parti hökumətə gələndən sonra məzhəbi düşüncə zehniyyəti, din zehniyyəti ki, hökumətə hakim olub, bunların hamısını siliyor aparır. Hələ Türkiye kimin demokrasi bir ölkə. Bu İran adlanan ölkədə bugün bu projeni ki bunlar yaparlar, bizim milli hərəkətimiz bugün gəlib ondan çox dalda başlıq. 10 il dalda başlıq bu hərəkəti. Gəlib bugün siyasi hizblər özlərini tanıtdırmış olsaydılar bu müddətəcən tanıtdırmışlar. Tanıtdırmışlar, zamanı yetişə xalq da tanıyar bunları. Əgər xalqın içine girsələr. Ama bu da yok. Haşim Bey, öz başınıza getmeyin. Lütfen benim sorularıma cevap verin. Yok, uzatmayacaksınız. Bilirsiniz, burada bir müqərrəratından danışacağıq. Bir dəqiqə qulaq asın. Burada bir şeyle gedirik. Bu otağın bir müqərrəratı var. Onu oxuyacağım. Sualları mən soruşacağım. Sualın içinde cevap vereceksiniz. Diyor. Hangi hizbin ideolojisi var, yoktu, siz muhalifsiz, okey. Ama siz özünüzü açıklayacaksınız. Özünüzü düşüneceksiniz. Tamam. Şimdi sizden birinci soru. Siz intikabata göre ne düşünürsünüz onu deyin. Ben bu sözünü siz Yok, onu kırdınız. Çünkü hizblere getmeyin. Özünüzü düşüncəsi deyin ki, intikabata göre ne düşünürsünüz? Siz əvvəldə dediniz ki, mən bununla müxalifətlik edirəm bu danışıqlarla və icazə vermisiniz. Mən indi bu sözümü təkmil edirəm. Kimliyə? Hangi danışıqlarla müxalifət edirəm? Sizin bu danışıqlarınızla. Siz mənim danışıqlarımla müxalifsiniz? Mən öz layvımda siz bir də bax qəydin. Onu sonra danışarıq. Onu ərz elədim ki, əvvəl intixabatı danışaq. İntixabatı, pezeşkiyanı danışaq. Əlbəttə. Onu sonra danışaq. Baxın, qoyun bir dana gedək da. Yəni hər şeyin özünün vaxtında gedək. Bəlli olsun nəyi danışırıq. Mən də belə düşünürəm. Əvvəl pezeşkiyanı qutaraq. O günkü kəsilə bir ayrı programıdır. Siz pezeşkiyan pədidə ya o bir şey çıxıb ortaya fenomen. Bu fenomenin nədir düşünürsünüz? Bu seçkilərdə nədir düşünürsünüz? Neyinə düşünürsünüz? Sizin partinin, Liberal Demokrat Partinin, Güney Azərbaycan Liberal Demokrat Partiyasının siyasəti nədir? Güney Azərbaycan Liberal Demokrat. Bəli, Güney Azərbaycan Liberal Demokrat Partiyasının düşüncəsi nədir seçkilər haqda? Baxın, biz bütünlükdə biz buna inanırıq ki, biz İranda rejim əvəz eləmək hədəfimiz yoxdur. 1357-də bir dəfə rejim əvəz eləmişik. Daha rejim əvəz eləməyəcək. Biz dövlətin dağılmağına qoymağımızı qoymuşuq. O ki, bu günləmə hökumət, hakimiyyət, siyasi əl əvəz eləyir, ya o ki, Məhsə Əmini gələ hakimiyyət siyasını əl əvəz eləyir, İttilaatın projesi ki, eşikdə olan İran dövlətinin iki qolu var. Bir içəriyə, bir eşik qolu. Eşikdə opozisyon İranın dərəs ikinci qoludur. Bu topa atır ona, o topa atır buna. Biz o olan yarattığı hərəkəti ki, milyardlar dolar sərmayə qoyurlar. Gəlirlər Berlində, Almanda milyonlar dolar pul qoyurlar. Bütün Qətarı alırlar ki, müftə o təzahürata geçsinlər. Və bu hansı puldur? İran Cumhur İslami dövləti o 50 milyon dolar, 100 milyon dolar pullar ki o eşiyə yolladı o pullardır. Bunlar Vizarət İttilatla birlikdə bu rejimi dəyişmək istəyirlər. Çünki görürlər ki, İran bombası yetişibdir. İranın sistemi eynən İttihad-ı Cəmahiri, Şurəvi, sosialisti kimi dağılmaqda, tökülməkdə. Vəhşi kapitalist içindən tökücədir, çürüyüb daha. Çürüyüb. İndi burada rəisi getdi, opsi gəlsin. İndi bizə xətər bilirsiniz nədir? Bizə böyükdən xətər bu pezeşkiyandır. Pezeşkiyandır. Nədən? Bilirsiniz nədən? Pezeşkiyan. Bugün bilirsiniz nə geçir? Suriyedə PKK'lılar terörist kütləri təşkilatlanıblar, hazırdılar dövlət yaratmağa. Bunları hazırlayıblar dövlət yaratmağa. İndi bugün hazırdılar. Və bunlar müntəzirlə İranda bir az qarşı salarlar yola. Pezeşkiyanın əlinə, rəis-cumhur, Azərbaycan, Türkiyə çıxacaq rəis-cumhur olar. Orada da çönəcəklər, nə deyəcəklər? Bu gələcək kütlərin, nümayəndələrini gətirəcək, idarələrdə oturdacaq. Ondan sonra içi şəhərlərdə
iç savaşı başladacaq. Bu iç savaşın birinci hərəkətində o terörist kütlə ki, Suriyədə bugün hazırlanıb, boğazlarının dibinəcə müsəlləhdirlər. Heç kəs bunu görmür. Əsas hədəfləri budur. Bu hökumət seçimindən əsas hədəfləri budur bu vəziyyətdə ki, bunlar kütləri o məqsədə tökələr Güney Azərbaycan torpaqlarına və dövlət yaradırlar. Biz bu vəziyyətdə gələk, bu faşistlər, bu İran dövlətinin itinə sözə qoyaq. Bu görsədək ki, biz hələ yetişməmişik. Bizim düşüncəmiz budur, çox sadə. Buyur. Çok sağ olun, teşekkür ederim. İndi geçirik programımıza. İcazeniz siz de nəzərinizdə siyasi olarak düşünce bu seçkilere göre dediniz. Mən də buradan bu yüzden mümkündür, buradan bu yüzden kəsilə ayrı bərnamada, buradan bu yüzden ayrı. Buradan bu yüzden selam əziz və hörmətli dostlar, saygılarla mən İnsaf Əli Hidayət Düşüncə Bağı programının aparıcısı. Bu gündən biz 4 gün boyunca gündə Təbriz vaxtı ilə saat 9-dan 10-a ta 12-yə qədər Təbriz vaxtı ilə Sayın Haşim bəy Bilgin ilə Güney Azərbaycan Liberal Demokrat Partiyası lideri ilə sözcüsü ilə, yəni sözcüdür da ovanız. Sözcü ilə danışıqlarımızı aparacağıq. Geçmiş dəfələrdə olan soruları bunlardan da aparacağıq. Bunun üçün, əziz dostlar, bizim bilirsiniz, hər qonağımız gələndə bir usulumuz var, işləmək usulu, onu oxuruq burada ki, həm qonağımız bilsin, həm də taza gələnlər bilsinlər ki, biz hangi usul əsasında danışacağıq burada, yəni müraat edəcəyik. Həm qonağımız, həm mən bunları müraat eləməyə məcburuq. Mən bunu sizin üçün oxuyayım və qonağım üçün də oxuyayım, davam edək. Düşüncə bağı otağının quralları, iş quralı üst-üstə. Əziz və hörmətli Güney Azərbaycan siyasi təşkilatlar mənsubları, salamlar, saygılar. Güney Azərbaycan Düşüncə Bağı otağına xoş gəlmişsiniz. Düşüncə Bağının iş quralları 1. İnsaf Əli Hidayət tərəfsiz olaraq bu otağı idarə edəcək. 2. Sizlərdən soruları İnsaf Əli Hidayət soracaq. 3. Sizlər İnsaf Əli Hidayətdən soru soramazsınız. 4. Əgər vətəndaşlardan qonu haqda sorular gəlirsə, ədəbli, adı bəlli olan vətəndaşlar soru sora bilir və Hidayət o soruları sizlərə yönəltər. Hər kəs təşkilatında olan yer ya mənsubiyyəti və soy adı ilə xitab olacaq. Qonağımız dedi ki, mənə kiçik adımdan de, bu məni rahatlatdı. Hər siyasi təşkilatın vaxtı o təşkilatın sorulara cavab verdiyi qədərdir. Mümkündür oturum 1 saat ya da 5 saat sürsün. Bizə Instagram 4 saatdan izafə vaxt vermiş, sürə vermiş. Əgər sorular və cavablar bir gündə 4 saat içində bitməzsə, arada ara düşmədən və ardı kəsilmədən 2-ci, 3-cü, 4-cü, 5-ci oturumda olacaqdır. Soruların cavabı olduqca xülasə və müstəqim olmalıdır. Bunun təşxisi İnsaf Əli Hidayətə bağlıdır. Qonağımızın diqqətini buna cəlb edirəm, xülasə. Əgər parti mənsubları suala cavab verməkdən qaçınırsa, ya cavabda haşiyəyə gedirsə, İnsaf Əli Hidayət qonağın söhbətini kəsib, sorunu yenidən soracaq. Soruların cavabı qane edici oldu ya olmadı, İnsaf Əli Hidayətin təşxisinə bağlıdır. Ancaq qonağın sonuncu cavab haqqı var. Soruda və cavablarda heç bir şəxsə və təşkilata ədəbsizlik, acı söz, pis sifətlər verilməyəcək. Əgər cavablarda hər bir birəyə ya təşkilata tohin, iftira, təhqir, mənfi sifətlər dilə gəlirsə, o fərd və təşkilata cavab haqqı veriləcək. Həmən birey ya təşkilatın haqqı var. Aynı zamanda, yəni məsələn bugün söz alıb cavab versin ya gələn oturumlarda huzur tapsın, cavablasın. Tohin, iftira, təhqir, kötü sifətlərin təşxisi adı çəkilən fərdlər və təşkilatlardan əlavə İnsaf Əli Hidayətə aiddir. Əgər düşüncə bağının qonağı bir şəxsin adını çəkib, onu ya o bağlı olan təşkilatı tənqid edərsə, ya onlara bir sifət bağlarsa, ya onları sorğu altına alırsa, İnsaf Əli Hidayət o bireyi ya təşkilatı həmən cələsə, ya sonki iclasda cavab üçün dəvət edəcək. Düşüncə bağı otağı ədəb, ərkan, mərifət, sayğı və hörmət üzrə qurulacaq. Əgər qonaqlar hər bireyin və təşkilatın adını gətirmək zorunda qalırsalar, sayğılı və hörmətli sözlər ilə o bireyi və təşkilatın adını səsləndirəcəklər.
Cənabınız mənə icazə verdi sizə Haşim deyəm. Amma istəyirsiniz bir əlif partinin ya bir əlif adamın adını çəkəsiz, onlara sayğıylı sözlərinə O sizin adlarını düşüncənizdir. çəkəcək. Otaq başlanandan sona dək hər qonağın mənfi və sayğısız sözləri bir mənfi nömrə hesab olacaq və elan olacaq cəmi hər cəlsədə. Hər iclasın sonunda sayğısız sözlərin sayı üzərində mənfi nömrənin sayı elan olacaq. Beləliklə o fərd və təşkilat mənfi nömrə ilə tanınacaq. Mənfi nömrəsi az olan ya əslən mənfi nömrəsi olmayan təşkilat və onun mənsubu bu üç sifətə layiq görünəcəkdir. Bu üç ünvanı alacaq. Ərdəmli, ən ərdəmli və milli ərdəmli. Milli ərdəmli əz üstün, məsələn, yaxşı %100 budur. 50 ən ərdəmli, 0 ərdəmlidir. Ondan da aşağı mənfi. Sifətə layiq görünüb topluma və həmən iclasın və sonraki iclasların sonunda tanıtdırılacaq. Tüm təşkilatlarımızın və mənsublarının milli ərdəmli olmalarını dilər və hər birindən özlərin millətimizə ən gözəl, ədəbli, ədəbi və siyasal sözlər ilə və xülasə olaraq tanıtmalarını rica edərəm. Tamam. Bu bizim qurallarımız. İndi gələk bura ki, Haşim bəy bilgim ki, bir canlıda bizi tənqid edibdir. Əgər istəyirsən o haqda danışasınız, buyurun danışın. Tamam. Mən birinci bunu deyim ki, mən bunları çox sevinirəm ki, hər halda Güney Azərbaycan hərəkəti bir hərəkət edir. Mən bundan heç vaxt müxalif deyim və olmamışam, olmanam da. Amma mənə bu mühüm məsələdir. Kaş bu məsələn bu şivədə danışıqlar gedəcək. Bu seçimdən muvazi günlərdə olmayaydı. Yəni içəridə onlar ki, o seçim aparırlar, o modern səviyyəyə salıblar özlərini, bir debat aparırlar, ya müzakirə aparırlar, ya münazirə aparırlar. Kaş bizim, indi siz bu işi yola alırsınız, kaş bunu elə o səviyyəyə salardınız ki, 4 dənə təşkilat, hər hansı təşkilat istəsə biz olmayarız. O təşkilatların hamısını çağırırlar, onlar otururlar, münazirə qoyurlar, İran dövlətinə, xalqına, Azərbaycan xalqına bunu göstərdək ki, biz qadirik dövlət yaraldıq. Müxalif, müvafiq düşüncələr bir yerə yığışa bilirik. Amma burada hətta bundan qorxuruq ki, biz birdən filan partiyaya, mən buradan deyim, hər kəs istəsə bizim əleyhimizə, nə desə mənim öz adımdan desin, heç məsələm deyil. Əslən istəsən gələm, cavab verim, istəməsən heç narahat olma. Heç məsələn, niyə? Çünki biz siyasi insan olaraq hazıram, hər cürə yamanda gəslə millətimin yolunu alaram, heç məsələm deyil. Ona görə mənim əgər düşüncələrimdə naqislıq var, bunu opsi təşkilatda çəkməsə sual altına kim çəkəcək? Əgər onlar məndən müxalif təşkilatdılar. Çünki müxalif təşkilat olmaqsaq bir-birinə gərək bahəm birləşək. İndi icazə buyursanız mən bu iki sözünüzə cavab verib sonra gedək siz davam edin. Birincisi bu ki buyurursunuz ki mənə də cavab haqqı yaramada. Yox, siz davam edəcəksiniz. Cavab haqqı ki varızdır, əlbəttə ki varızdır. Yox. Siz sözlərinizə davam, mənim yadımdan çıxmasın deyə. Birinci buyurdunuz ki, bunlar İranda keçən intixabatla eyni zamanda gedir. Biz intixabatı qəbul eləmədiyimiz üçün bizə önəm daşımır ora. Onun üçün də o sayılır. Amma bizim bu proqramımız 2 ay ondan qabaq o İran prezidentin özləri terror eləməmişdən 1 ay qabaqdan biz bu proqramı başlamışıq. Buracanda 2 aydır təqribən canlı gedir. 2 aydır və hər həftə 5 gün gedir, 6 gün gedir. Bunun üçün sizin bu sorunuz yeri yoxdur. İkinci sorunuz bu oldu ki, kaş ki tamam hizblər gələrlər, burada bir-birlərinin mübahisə eləyərlər, bəhs eləyərlər, cədəl eləyərlər, ya münazirə eləyərlər, ya debat eləyərlər sizin sözlər, İngiliscə debate eləyərlər. Bu imkan yoxumuzdur. Buna görə ki, gərək bunları bir yerdə oturda bilək, 2-sin, 3-ün, 5-in danışa bilərlər. İndi feili halətdə əvvəl biz tanıyaq aslında bu hizb nədir? Məsələn, Güney Azərbaycan Liberal Demokrat Partiyasının düşüncələri nədir ki, onları gətirək burada danışsın? Mən Güney Azərbaycan Liberal Demokrat Partisini tanımırdım. Tanımırdım. Bu iraddırsa, buyurun deyin iraddır. İndi bunun iradı, bir dəqiqə, bunun iradı sizədir. Siz niyə işləməmisiniz ki, mən sizi tanıyam? Yəni, mən üçün bu camiədə, toplumda özümü ziyalı bilirəm, siyasi bilirəm, analiz edirəm, sizi tanımıram. Bu təqsir mənim deyil, bu təqsir sizindir.
Bu da bu. İndi biz hər halda bəlkə demirəm bunu. Biz mümkündür ki, bu serilər qutarandan sonra Güney Azərbaycanın partiləri bura yığışandan sonra burada hamısının nəzərlərin ayrı-ayrı biləndən sonra ki, bunlar nədir? Ondan sonra bunları gətirib bir-biri ilə müzakirəyə də qoya bilirik, münazirəyə də qoya bilirik, debatə də qoya bilirik. O da o. Buyurun, siz devam edin. İkinci budur ki, İnsaf Ərbə, qardaş, siz bir televizyon mənsubuydunuz. Mən o televizyonda adını səhməm, görürsünüz. Siz bir televizyon mənsubuydunuz. Və o televizyon bütün Güney Azərbaycan Milli Hərəkətin o zamandan ki eşikdə fəaliyyəti var, hamısını bilirik. Hamısının tarixində əlində var. Niyə? Çünki mən o Qamoğun dış qolunun qurucularından biriyəm. Bir zaman onu mən yaradanlarından biriyəm. Və o bütün hər hərəkətdə ki olub, hamısının içində olmuşam. Və 2 il yarım tamam da o bəyaniyələr ki verilib, Güney Azərbaycan Liberal Demokrat Partiyası onun içində və cüzv o təşkilatlardır ki, üçüncü zatdır ki o birliğin yarananda içində olub. Güney Azərbaycan Liberal Demokrat Partiyası hangi il qurulub? Mən 14 il bundan qabaq budur deyim, 2009'da 10'da. 2010'da. Tamam, buyurun, devam edin. Ben o zaman mesele buradadır. Bu bəynamənin ki siz aparırsınız, kaş həm o zaman ki siz televizyondaydınız, o zaman bu bəynamələr gedərdi. Təşkilatlara tanıtlayardılar, əzablara tanıtlayardılar. Amma olmuyor. Hatta bütün televizyonlarımız. Yani bu işi göstərdilər. Bugün biz nə qədər qabağıydıq? Bizim nə qədər gücümüz var? Baxın bir dəqiqə bağışlayız. Biz burada Savalan dəyənəyin yola saldıq. Böyükdən dəyənəydi. Bütün Güney Azərbaycan rabitəsini eşikdə neçə illər fəaliyyət elədi. Bütün dünya tanıdı. Amma Güney Azərbaycan'da heç kəs tanımadı. Gene mən tanımadım. Mən məsələn Güney Azərbaycan dərnəyi tanımadım. Amma birdən o zaman məsələn rəhmətli gündəmdə 6-cı il idi Həsən Dəmirçinin. Allah rəhmət eləsin. Ruhu şad olsun. Allah rəhmət. O rəhmətlikdən soruşsaydı Savalan kimdir? Ya məsələn deyəm, onlar orada kimlərdi? Mütməyinnəm açıqlayacaqdı, şəkkisiz açıqlardı və açıqlayıblar da. Tamam, sizin xəbəriniz olmadı. Gələk bura, bu sorunuza baxın, bu intiqad varid deyil. Niyə? Deyək ki, bu günləri mənim düşüncəm buna gəlibdir. Bu günləri mənim düşüncəm buna gəlib ki, mən Azərbaycan siyasi partilərini tanımalıyam, çünki toplum tanımır. Bunların ideolojilərin, siyasətlərin, xəttiməşlərini bilməliyim. Dünən bu fikrim yox idi. Mən dünənə sizə nə cavab verim? Deyim ki, niyə mən dünənləri yaymamışam? Ondan sonra, məsələn, mənə nəqd eləyə bilərsiniz. Baxın, məni nəqd eləyə bilərsiniz. Yoxsa məni bir yerdə işdirdim, bir dana idarədə işdirdim, o idarəni istəyirsiniz nəqd eləyəsiniz, ya məni nəqd eləyəsiniz, ya bu proqramı. Bu proqram bu günləri zehnimizə gəlib. Siz niyə məsələn 2008-də Güney Azərbaycan Milli Demokrat Partisi niyə düzəltməmişdiniz? Xıyanət eləmişsiniz əslində gəlişdirəm. Niyə düzəltməmişsiniz? 2000-ci ildə niyə o Güney Azərbaycan Liberal Demokrat Partisi niyə o zaman yola salmadı? O zaman 2000-də hansı partiya vardı? Niyə yox idi? Niyə yaratmamışdınız? Tüm milli hərəkət yox idi. Niyə yaratmamışdınız? Siz niyə yaratmamışdınız? Biz necə? O zaman mən solçuydum. Necə yaradacaqdım? Tamam, qutardı getdik. O zaman sizin başqa bir düşüncəniz. Baxın, elə həman. Mən də o televizyonda işləyəndə o zaman idi ki, o fikirləri açılmırdı. İndi o fikir açılır. Qutuldu getdi. Bunu bəhsi devam verin. Çünki zərərlisən. O zaman siz milli hərəkətdə yox idiniz da, yəni əslində. Mən var idim. O zaman mən zindandaydım. O zaman mən zindandaydım. Mən onda zindandaydım. Mən onda zindandaydım. Mən nələ zindanlımışam bəyəm? Yox, siz solçuya çəkmişsiniz. Mən milli hərəkətə çəkmişəm. Siz solçu hərəkatının zindanlısı olmuşsunuz. Mən milli hərəkatın zindanlısı olmuşam. Mən milli hərəkatın şikəncəsini yemişəm. Milli hərəkatın evsizliğini yemişəm. Milli hərəkətə 1370-dən qoşulmuşam, rəsmən. Siz milli hərəkətin o zatdan yiyibsiz, amma rahatlıqla gəlibsiz, eşiyə bir də qayıdıbsız içəriyə. Mən içəriyə qeytməmişəm. Ya içəridən çıxıbsınız. Mən içəridən çıxmışam, təbii ki, çıxmışam. Gəlirsiniz eşiyə, eşikdən bir şeydə qayıdıbsınız. Bu heç də eləməz. Siz milli hərəkətin adamı olmamışsınız. Baxın, sizin sualınıza cavab verirəm.
Sizin Fərqini sualınıza bilirsiniz Aydadır. baxın, mənə qulaq asın da, hadi. Soruşdunuz, qulaq asın. Siz mənə deyirsiniz ki, filan yerdə işləyirdim, niyə orada o zaman bu bəhsi aparmamısan, hə. partiləri orada danışdırmamısan, bunu soruşursunuz. hə. Mən də deyirəm, tamam, siz düz deyirsiniz, Allah dedəzə rəhmət eləsin. Siz niyə 2000-ci ildə niyə o partini, Liberal Demokrat partini yaratmamısınız, niyə? Düşüncəm yetişənməzdi. Mənim də düşüncəm onda yox idi. Qutuldu getdi, Günah TV-də işləyəndə də mənim də fikrim yox idi. Düşüncən yox idi da, bəs burada bəhs yoxdur. Da mən niyə elə nəqd eləmisiniz ki, geçəcəkdə niyə bu işi görmüsən? O nəqd varid deyil. Tamam. Geçək, buradan da geçək, sizə zərər edən. Bir dəqiqə, fərq elə, çox variddir. Siz o zaman o qurumda milli hərəkətə ağıtan sizə belə gəlib. Sizin də o Savalan dediniz, Səbəlan dediniz dərgidə. Siz o Savalan dediniz dərgidə niyə bu işi görməmisiniz? O əncüməndə niyə bu işi görməmisiniz? Nə? Partiləri tanıtdırmısınız? Partiləri tanıtdırmısınız? Parti yox idi. Əslən parti yox. Tamam, pəs qutuldu getdi və vaxt yoxdur. Tamam, bunu bəhsim geçək. Bu daha şey oldu. Bu Qamu təşkilatın dış qolunu yaratdıq biz eşikdə. Bir ilk hərəkət idi. Ondan qabaq düzdür var idi. 2 dənə zat var idi. Təşkilat var idi. Onu biz qəşəng bilirik nədir. Yaratmamısınız. Amma mənim sözüm buna gəlir ki, mən sizə o birisi geçək nəqdinizə. Buradan geçək. O birisi nəqdinizə geçin. O birisi nəqdinizə geçin. Olsun, sən o istəsən. Yox, sizə zərər edir da. Yəni onu davam eləmir. Sizə zərər edir. Bax, mən zərərdən qorxmaram. Yox, zərər deyil ki, zərər deyil. Vaxtınız yalandan hədərə gedir. Mən burada vaxtı hədərə verməyə gəlməmişəm. İstəyirəm ki, sizin ideolojinizi tanıyam. Əsli budur ki, istəyirik görək ki, cənabınızın ideolojisi, cənabınız deyirsiniz ki, heç partinin ideolojisi yoxdur. O danışıqda deyirsiniz. Mən istəyirəm burada görək ki, sizin ideolojiniz var ya yox. Bu ideolojinin üstündə bəhs eləyək. Mən deyək ki, sizin nəqdiniz vardı qabaqçı sözlərə. Buyurun, davam edək. Yoxdur, mən sorularıma başlayayım. Siz dediniz, onlar dayandıq, heç məsələsi yoxdur, buyurun. Yox, onları dayandırmayaq. İstəyirsiniz davam edəsiniz, amma həman sözü dayandıraq ki, niyə siz məsələn filan yerdə işləyəndə bu məsələni aşmamısınız. Onu mən dedim ki, bu dəlillə ki, o zaman mənim düşüncəmdə bu yox idi ki, gələn. Mən bir dənə sadə söz deyim, mən zindandan çıxandan sonra məmnun xuruc idim eşya, bildiniz? Fərqi odadır. Nə oldu? Bəs üzdürsən. Mən məmnun xuruc idim zindandan çıxandan sonra. Mən qırmızı pasport vermirdim. Mənim adım qara listanın içində idi, ona görə. Hər halda, yəni hamımız zindana gedibdi, zindandan çıxandan sonra da min dənə müsibət olubdu. Yəni o heç nə sizə bir nə sizə cənabınıza nə bir şeydir, nə cənabınıza bir iftixarı xastıdır, nə mənə də fərqlidir. Biz vətən üçün, millət üçün getmişik, minnəti də heç kəsə yoxdur. Baxın mən bizzatım vardı. Əvvəl özümü tənqid edirəm, hər yerdə eləmişəm. Geçmişimi qədər gözəl tənqid eləmişəm. Hər kəs bilir bunu. Sizin xəbəriniz yoxdur. Amma indi biləxə o məsələyə yetişdik ki, mən nə cür başladım, mən Allah hamısını tozayım. Tamam. İndi özünüzün adınızı, harda doğmusunuz, təhsilatınız nədir? Özünüzü bir mərifə eləyin, tanıyaq görək ki, bu Haşim Bilgin kimdir? Mən Haşimam. Şöhrətim əslində Fazilyandır. Bilginini biz götürmüşük. Çünki Bilgin eşitdi Fazilyanla. Və bunu da çevirib və bunu da öz sizillərimizə keçidəcəyik. Bunu söhbətsiz. Ulumiyə doğumluyam. Hangi ildə doğmuşsunuz? 62 yaşındayam. 62 yaşım var. O qədər ki, deyim ki, mən 14 yaşımdan siyasi insana qatışmışam siyasətə, istəmirəm. İranda deyə bilirəm rahat 15 il, 20 il, 15 ilə yaxın hamballıq eləmişəm. Fars faşizminə hamballıq eləmişəm. Solçu təşkilatda olaraq hamballıq eləmişəm. Fədailərlə olaraq hamballıq eləmişəm. Və özümə bir boş bilmişəm, ölənəcəm. Nə qədər bu hamballığımı, o xiyanətdir xalqıma, yəni bilmədən bilə-bilə giyməmişəm ki, o məsələ. Çünki o zaman milli hərəkatda Azərbaycan milli zadına heç yoxmuzdur. Təhcə o zaman bir yoldaş var idi, çıxırdı, bir də varlıq dəyişisi sonra çıxdı. Və ola alandan, ilk alanlar da mən idim və ümumiyyətlə olar ki, satırlar ilk mənə yaxınlıqlar da mənlə olurdu bu məsələ ilə, bu cür məsələ olanda da. Məsələ budadır. Biz bunu qadırıq
Yəni bizzatı mən nəqd edəndə onun kökünü çıxardım eşi. Mən o zaman ki İranda solçu təşkilatı nəqdə çəkirəm, olan mən kökünü içimdən qopaldım atmışam eşiyə. Söz buradadır. Çünki mən bunu bilirəm ki, tamamı opozisyon təşkilatda hamısı Savakla Vizarət İttilaatın quyuqlarıdırlar. Yəni Savakla Vizarət İttilaatın yaratdığı orqanlardılar eşikdə. Və dəqiqən eşikdə opozisyon, fars opozisyon. Özünü mərif edin, özünü mərif edin. Bu rabitədə o zaman ki, bu rabitədə dedi, infradımı da çəkmişəm, işgəncəmi də almışam, ağıtan vəziyyətlə çəkmişəm. İndi də eşiyə də çıxandan sonra o insanlarda məmulən İran dövləti, İran farsist dövləti biz deyək ona. Yəni farsist müsabiqə faşizmlə. İran farsist dövləti elə bunu düşünün ki, İran adlanan ölkənin içində bizim mənim məsələn dədəmallam hamısı zad olubdur. Besna müsabiqə olunubdur. Halbuki nə mən vaxtı müxəttiri işinə keçmişim, nə də qaçaqçılığa, nə də TİY-ə, nə heç də. Fəqət siyasət, milli siyasi hərəkətə girəndən sonra bu olubdur, başımıza bu gəlir. Məsələ buradadır ki, əziz dostlarımız, biz Güney Azərbaycanlılar hamımız rəhmətli Səməd Əminin uşaqlarıyıq. O insanlar ki, solçuluğa çəkildilər. Yəni solçuluğa bais, yəni ondan sonra yoxdur. Yəni o zaman İran adlanan ölkədə ya solçu olacaqdın, ya dinçi olacaqdın. Dinçi də olanda yəni dövlət adamı olacaqdın. Yəni cümhur-İslamiçi olacaqdın. Ya da gələcəkdin, bir tərəf olasan, yəni bir şərəf olacaqsan, səltənət tələblərlə olacaqdın. Məsələ buradaydı. Bundan sonra üç yol idi. O ayrı bir yol yoxumuz idi. Və olay ki, solçuluq xəttinə gidilə Azərbaycanda rahat mən deyirəm 80%-dən çoxu Səməd Əminin uşaqlarıdırlar. O düşüncəni ondan aldılar bu düşüncəni. Bu düşüncəni almadılar. Amma bu görsəni idi ki, o zaman məsələn solçuluq azadlıq yoludur. Halbuki Səmədin dediği solçu azadlıq ayrı bir zad imiş. Biz bunu məsələn görəndə o günlər ki keçirdik. Bu yana gələndən sonra. Xülasə. Biraz xülasə gedin lütfən. Bu yana gələndən sonra mən milli hərəkətə, yəni Azərbaycançılığa, türkçülüğə çəkildim. Qardaşımın vasitəsilə, Mahmud bəy Bilginin vasitəsilə. Özümdə indi o şədidən tam müxalif cibhədəyim ondan da. Çünki mən inanıram, Allah hələ o düşüncədə, o solçuluq düşüncəsi olan zehnlərindən çıxanmaya beşiyə. Bütün lütfen heç kəsə işarə eləməyin. Xahiş edirəm heç kəsə. Və indi sizə fərq eləməz. Mən indi sizə bir dənə nömrə mənfi yazıram bu hesabda. Aldım. Bir dənə nömrə mənfi yazıram hesabda. Olmaz bir partibazlıq eləyəsən burada. Yox da. Bizim heç kəsin adını çəkməyəcək. Xüsusən milli hərəkətdə olanları fark edərik. Tamam. Bir dənə mənfi burada sizə verdim. Olsun, doğrudur. Hər halda onda fəqət üçün nəc oldu, çəkildi milli hərəkətə. Bunu ortaya qoydum. Ondan sonra bütün nəmlə hərəkət gedib Güney Azərbaycan rabitəsində eşikdə bütün seminarlar, bütün mitinglər hamısında olmuşam. Hamısı da məni tanır, bütün milli hərəkətdə tanır, bilirəm də tanırlar da. Bu da ki tanımayanlar. Amma qismət bu olmayıb da, biz neydik də, bizim dostumuz tanımır. Gənə də çox səvindim ki, tanıdınız siz də, yaşayasan bə. Buyur bə. Bu qədər. Ondan sonra deyirsiniz, Mahmud bəy buradan çağırıram, əgər səsimizi eşitsələr, Mahmud bəyin haqqı vardı, indi gələrlər, cavab verərlər. Və mən əgər indi də gəlməsələr, bu proqramdan sonra onları dəvət edəcəm, hər zaman istəsələr, gəlsinə cavab versinlər. Buyurun. Olsun. Bu ki, biz Qamoğun diş qolunu yaraldığında mən onunla vardım. Diş qolunun zatlarından biriydim, qurucularından. KDP-ni yaraldığında... Qamoq hangi təşkilat olur? Güney Azərbaycan... Qamoq olur da, Qamoq olur. Qamoq. Onun diş qolunun yaradanlarından biriydim. Ondan sonra oradan zad olduq, KDP-yə yaradanlarından biriydi. Oradan zad olandan sonra Liberal Demokrat Partiyasının... KDP hangisi olur, üzr istəyirəm? Güney Azərbaycan Demokrat Partiyası.
Tamam. Güney Azər. O da olur KDP-də, KDP olmur. O da KDP KDP, olur. mən də KDP. Siz qıdıysa, mən ki, adət eləmişəm. KHK demişik həmişə. Tamam, tamam. KDP, Qamov, Qamaz. Hələ yox, Həmişə bu KDP, demişik. o da cəmaət. KDP, tamam. Yəni cəmaət hamısı KDP. Güney Azərbaycandan gəlir də, Bəli. G-lə başlayır. Bəli, düzdür, bu düz sözdür də. Ondan sonra o Güney Azərbaycan Liberal Demokrat Partiyasını qurduq biz və illət əsli ki, bu partiyanı mən yola saldım. Qurucusuyam əslində. Onun da illəti budur ki, mən hər zaman gördüm ki, bir dənə dava gedir, rəhbərlik, liderlik davası gedir bütün hamısında. Və bu məsələ mənə çox incidirdi. Və bu məsələdən elə o zamanki solçuluqda vardım, onda da bu məsələ mənə baskı gəldi. Elə oldu ki, o zaman dağlara gedərdim, mən Farsça danışmazdım. İmkansızdı Farsça danışam o zaman. Dağlarda Türkçə danışardım. Sonra fədailər mənə zat qoydular. 2 həftə bazdaş qoydular ki, haqqın yoxdur. Bundan belə daha dağlarda danışırsın. Bu qədər. Buyurun. Tamam. Ərz edeyim ki, siz gördünüz ki, partilər liderlik üçün bir-birləri ilə içərilərində savaşırlar. Dediniz bir dənə də mən liderlik davası salım. Yox. Bir parti mən yaradım. Yox. İştibah edirsiniz. Mən fəqət buna düşdüm. Mən iştibah eləmirəm. Nəzərimi deyirəm. Siz biraz burada saygını Yox, gözləyin. mənim rabitəmdə iştibah edirsiniz. Ona görə deyirəm. Çünki mənim rabitəmdə düşüncə verirsiniz də. Yaxşı, ona görə deyəm iştibah edirsiniz. Baxın, sizin cümləz buydu da. Sizin cümləzi fikir edin. Cümləz buydu ki, mən gördüm ki, liderlik davası var. Mən təhdəydim, amma mən deyərəm. Mən təhdəydim. Ərz edirəm da, mən də sizin cümləzi. Getdim, gördüm ki, bir çox liderlik davası var. Mən getdim bir ayrı hizb yarattım. Çünki mən də istəyirəm lider olan. Yox. Çünki lider istəmirdim. Fəqət istəyirdim bu liderliği ortadan götürəm. Bu rəhbərlik sistemini ortadan götürəm. Tamam. Ona görə məcbur olduq. Özü də əvvəldə istəyirdik. Biz əvvəldə istəyirdik. O adı ki, aşmışdıq. Adını qoymuşduq əvvəl Traktor Partiyası. Traktor Partiyası. Sonrası hərəkət içindəkilər heç də vermədik eşiyə. Bir ilcə fəqət bunun üstündə danışıq apardıq ki, bundan hesab görsədə məhbiz. Elə bu məsələlərin içində mən bir restoranım vardı. Orada mən liberalizmin üsulunla aşina oldum. Liberalizmlə aşina oldum. Mənim dükanımda gələrdilər, Süedin partiyaları oturardılar, komunu dolandıranlar, oturardılar bir-birinə danışardılar. Liberallər, sosial-demokratı, solcusu, bu tür danışar. Mən də onların yanında oturardım, məsələn, qulaq asardım, amma gördüm olan, bunlar elə danışır, mən heç də anlamıram. Gördüm olan, mən liberalizmin adını da eşitməmişəm heç. Onda bildim ki, gəlib baxam, görüm bu nədir. Dibinə getdikcə, batdım içinə və çəkdi mənim içinə, çəkdikcə də daha çox çəkdi. Məsələ budur. Təşəkkürlər. İndi təşkilatınız buyurdunuz ki 2014-də düzəlib, düz ya 9-da. 2010-da. 2010-da. Hangi şərtlər əsasında və hangi konulara cavab vermək üçün, yəni hara boşluq nə idi ki, siz gəldiniz bunu düzəltdiniz? Əvvələn bu idi ki, mən o məsələ liberalizmi əlimə alandan sonra gördüm ki, həqiqətən bizim bir mübarizə aparırıq. Bilmirik nə istəyik mübarizəmizdə. Milli hərəkətimizdə. Sabah yıxdıq hökuməti nə yaraldacaq bilmirik. Rejim əvəz edəcək, hökumət özümüz qoyacaq, ya dövlət yaraldacaq. Bu suallar mənim qabağıma gəldi. Çünki mən bu liberalizmi götürdüyüm zaman bir dənə böyük bir məsələ gəldi mənim əlimə yetişdi. O da buydu ki, bu da dəqiqən bilirsiniz nə ilə zad oldu, müqarinə idi. Təqribən deyə bilirəm ki, Ağ Partinin yaranması ilə. O zaman Ağ Parti yarananda mən Türkiyədə olanla işim olmuşdu, bir qurucularla, zıtlarla. Onlar mənə o partiyalarının kağızlarını ki verdilər, bir dənə biləmə zat verdilər ki, dəqiqən liberalizm nədir, başdan dibə. Mən onu oxudum, sonra getdim yazdım, internetdə liberal nədir filan, Türkiyə liberal demokratlarla zat düşdüm. Onlarla ki, düşüncə baxımına bağlandı. Onda gördüm ki, babam, elə bir izzətlər var burada ki, bizim milli hərəkətimizin ruhunun xəbəri yoxdur ki, dövlət nədir, rəhbərlik nədir. Biz bunları görəndən sonra anladıq ki, biz bunu başlamalıyıq tanıtdırmağa. Çünki İran adlanan ölkədə 100 ildir tamamən liberalizm boykotdadır. Nə mənə kitab çıxıb bugün,
liberalizmin rabitəsində və ya indi çıxır tamamilə təhrif olunmuş sözlərdir. Əslən liberalizmə rəbti yoxdur. Hamısı da ki, çıxıb tamamilə fəqət fikirlərin, insanların fikirlərini o özbüyüzə çəkmək. Nədən? Çünki bu liberalizm səhnəyə girdiyi zaman da İran hatta dövlət ortada qalmayacaq. Çox sadədir. Nədən? Çünki insan azad olacaq. İnsan azadlığı İranın adından müxalifdir. Olmaz. Tamam. İndi sizin amacınız nə idi partini yaratmaqdan? Amacım dedim. Fəqət azadlıq, insan azadlığı. Tamam. İnsan azad olur. Partiyalar, baxın, ben bu təşkilatların içində insanlar azad deyil. Hədəfimiz buydu ki, bu insanlar azad ola. İnsanların azad olmağı nə anlama gəlir? Bunların hamısını sonrası açıqlayacaq. Tamam. Hizbin və təşkilatın, hizbin, üzrsən, bir dənə hizbi var. Hər hizbin, olur olsun, fərq etməz, sizinki ya hər kəsinki. Bu hizbin və təşkilat anlamı nədir? Nə düşünürsünüz? Hizbi deyəndə nə düşünürsünüz? Hizbi deyəndə biz bunu görəcəyik ki, biz insanlar bir müşəxəs, müştərək istəklərin doğrunda, yanında bir-birə yanaşırlar. O istəkləri bahəm ələ alıb, bir müşəxəs hədəfi görürlər qabaqda. Ona sarı hərəkət eləmək üçün məcburdurlar bir təşkilat yaradırlar üzlərinə. Bu təşkilat ki, yaranır. Əsas məsələ buradadır ki, mən sizin geçmiş danışıqlarınızı çoxuna qulaq asdım. Əsas nöqtə ki, bu ortada yaddan çıxıb, o da budur ki, sistem nədir? Bu sistemi üstündə, hər zat bunun üstündə yaranır və bu məsələ burada biz bu sistemi görüb, öz içimizə başlayıb, onu piyadə eləməyini başladıq. Mənzur sistemdən nə mənədir? Mənzuru sistemdən nə mənədir? Baxın, bir hizbi yaradanda, hizbi yaradırsan, ideolojisi vardır. Bir hizb olmaz ki, ideolojisiz ola. Əgər bir hizb deyə mənim ideolojim var, bundan bu deyil, onda get dünya nümunələri ola. Məyə təzə ideoloji çıxaldıq, özündən təzə bir ideoloji çıxaldıq, ya həqiqətən bu ideoloji var dünyada. Əgər bu ideoloji dünyada var, bunun fəlsəfəyə tarixisi olmalıdır. Məsələn, Marksizm, fəlsəfəyə tarixisi var. Fəlsəfəyə tarixisi var. Geçmişdən gəlsən, tək-tək filosoflardan belə görürsən, kimlər bunu gəlib tam Marksa Leninə yetişibdir, bu ideoloji çıxıb səhnəyə. Ya liberalizm deyəndə gəlsən, tax, filosoflarını dənə qabağın, ya bu deyil. Ya sosial liberalizm deyəndə, ya sosial çəp düşüncəsini deyəndə, ya nasionalizm deyəndə fəqət bunların hərəsinin bir kökü var özünə görə. Biz bunları ələ aldığımız zaman onda bu partiyalarımız var, hamısı, bunlar tək gərək ideolojilərini qoyarlar ortaya və ideoloji əsasında partiya yaramaq. Mən hizb işlətməm, partiya işlədirəm. Çünki partiyanın özünə görə bir məfhumu da var, dəlili də var. Hizb bir dənə ərəbi kəlmədir və o necə ki, o sifəti göstərəcək partiyadan onu göstərmir. Biz fəqət uşaqlıqdan hizb beynimizə girib qutulub, onu atacaq işə. Türkçəsində, indi bugün Azərbaycanda da partiya işlədirlər və Türkiyəmizdə də partiya işlədirlər, partiyalar. Məsələ buradadır. Biz bu məsələni gördüyümüz zaman hizbin içində sistemi buyururdunuz mən qaldı. desəm onu deyəm də ben. Bunun içində ideoloji gəlir. İdeolojinin yanında təşkilat gəlir. Təşkilatın yanında sistem gəlir. Bunlar sistemin üstündə otururlar. Sistem nədir? Sistem məsələn, bunu görün, bir dənə maşını nəzərdə tutacaq. Bir maşın motoru müxtəlif, müstəqil əbzarlardan düzəlibdir. Məsələn, içində jenerator var, bateri var, karburator var. Bu bir dənə, bunlar hamısı yığışıb, bir dənə sistemi düzəldir, motor adında. Bu maşın bu sistem üstündə gedir. Bu motorun qətələri, məsələn, karburatoru. Karburator tək başına nə dəyər eşidə, heç də ateşi. Karburat gedib maşının sistemi içində oturduğu zaman işi budur ki, benzinini çəkər, yetri obsəfə. Bateri tək başına nə dəyər, heç də. Ya, bəqiyə maşının sisteminin obsə əzası. Bunlar hamısı bir-bir yığışdırıb, kamillədir, gəlir sistemi düzəldir. Sistem nədir? Sistem
dövlətdir. Sistem dövlətdir. Bu sistem nə cür işləyir? Biz bunu öncə danışaq. Tamam. Onun yanında Sizin sistemdən tərifiniz budur ki, sistem yəni dövlət. İndi o cürdür. sistem o xımdır da. Yəni sən maaşın bir dənə maaşını bənzətdin, çox sadə ki, hər kəs anlasın. Onu bildim. Əlbəttə onun iradını deyəcəyəm indi. Nəsə maşına bənzəmir. Bəli, deyəcəyəm. Maşın toplum maşına bənzəmir. Çünki adamlar şey kimi fix bağlanamırlar orada işləsinlər. Adamlar çoxdular. Azadlıqları olanda oradan çıxırlar. Bağladığın yerdən çıxıb hər yerə gedə bilir. Amma qətəni maşından supapı açıb çıxartırsan istəməzlər. O eşidilə dərdi dəyməz. Adam oturdur. Onun üçün o maşına bənzər. Amma mən sizin bu sözünüzü yazıram. İcazə buyurun. Yazın saxlayın, cavab verin istərsiniz. Hə, bu çox qəşəng cavab var. Ona görə deyirəm. Çünki sistem, mən bunu xas o liberal demokrasi bölümündə bunu açıqlayacağım. Siz sistemi tərif edəndə deyirsiniz dövlətdir. İndi sizin hizbiniz dövlət deyil ki. Dövlət də qurumur da. Liberal demokrasi sistemi, liberal demokrasi, modern, klasik dövlət sistemi, bu dəqiqən hər hizbi təşkilatı, hizbin əsası budur ki, bunu yalaldı. Tamam, dövlət deyil amma dövlət olmaq üçün sistem deyil. Zaman o düşüncələr ki, orada hakimdir. Məsələn, insan haqları o düşüncədə hakimdir. O insan haqları sənin təşkilatın, mahiyyətin yalaldı. Yox. Baxın, mən dediyim şeydir. Siz buyurursunuz ki, sistem yəni dövlət. Mən də deyirəm, sizin partiya bir dövlət deyil. Mən də deyim ki, sistemi yaradan bir partiyalar olur, Sistem tamam, nə deyir? Tamam partilərin sistemi vardır. Modern demokrasi və dövlətin özü azadlıq, onun sisteminlə modern demokrasi birləşə dövlət yarar. Bunu kim yaradacaq? Təşkilatlar yaradacaq, partiyalar. İndi sizin bu partinin, Liberal Demokrat, Güney Azərbaycan Liberal Demokrat Partinin düzəlməsinin, təsisinin işə başlamasının zərurəti nə idi? Niyə yəni bunu gəldiniz, düzəltdiniz? Hangi sadədir var idi? Çox sadədir. Mən əvvəldə dedim, biz Səməd Əminin uşaqlarıyıq. Biz Azərbaycan bayrağımız da budur, dalımızdadır. Yəni dalımızda, başımız üstündədir, dayağımızdır. Və bunun üstünə bizim 4 dənə sembolumuz var, qoymuşuq. Bir Məhəmməd Əmin Rəsulzadədir, bir Səməd Əmindir, Səməd rəngimizdir, onun üstündədir. Bir Əhməd Ağaoğlu'nu qoymuşuq, bir də şəhid mühəndis Qulamızı Əmanını qoymuşuq. Nədən? Baxın, Səməd Əmin eyni, balaca qara balığı hara yollu, dəryaya yolluq. Yox, izləyiniz zərurəti da, lütfən. Zərurəti nə idi? Soruma cavab verin. Məsələ budadır, azadlığa görə biz bunu yaratmışıq. Çünki azadlığın sembolü, yolu fəqət budur. Bundan sonra başqa yol yoxdur. Tamam, beni bu belə görə. Yəni birisi cavab, bunun zərurəti budur ki, azadlıq yox idi. Biz azadlıq üçün bu hizbi yaratdıq. Azadlığın fəlsəfi siyasisi vardır. Tək azadlıq deyil ki, azadlığın özünə görə fəlsəfi siyasisi var. Təbii ki var. Fəlsəfi siyasi həmin dövlətdir. Tamam. Sizin hizbin amacı nədir? Yaxşı, nə hədəfiniz var? Bizim əsas hədəfimiz bundur ki, insanlarımız xoşbəxt yaşasın. Yəni nə mənə? Yəni xoşbəxt yaşasın. Yəni xoşbəxt yaşamaq yəni nə mənə? Mən bilmirəm nədir. Xoşbəxt yaşamaq, azad yaşamaq, azadlıq içində xoşbəxt yaşayacaqsan sən. Yəni nə? Yəni sən başqa insan sənin üstündə heç bir qüvvə, heç bir güc sənə baskı gətirməyəcək. Bu xoşbəxtlik deyil ki, yoxdur. Mənə baskı yoxdur. Bu xoşbəxtlikdir. Siz bəli, olan hamısını deyəcək, tələsməyin. Yox, indi soruşuram. Yəni siz deyirsiniz ki, xoşbəxtlik. Mən xoşbəxtliyi anlamadığım üçün mənə tozig verin xoşbəxtlik nədir? Onu mən deyim də. Çünki sizin qabaq suallarınızdakı gələcək. Mənə bunu cavab verin. Mən bunu bilmirəm. Tamam, mən buna cavab verim. Mən buna cavab versəm sizin vaxtınız buna yetişəcəkdir. Sözü dəyişdirməyəcəksən. Siz buyurun. Xoşbəxtlikdən danışdığımız zaman biz fəlsəfi siyasi azadlıqdan danışırıq. Azadlığı yaratmaq 2 dənə təməli var. Bir, azadlıq dövlət içi var, dövlət yaradacaqsan, dövlətin xılmı. Bir də demokrasidir, modern demokrasidir. Bu, gəlir bu saat dövlətin üstündə oturur. Demokrasini tərifləyəndə qüvvətləri ayrılığı gəlir yanında.
Qüvvətlər ayrılığını tərifləyəndə insan haqları, qüvvətlər ayrılığın hamısının başı üstə oturub. Bunlar hamısı nəyə dayanıb? Dövlətin xımı azadlığı. Azadlıq nədir? 5 dənə sütunu var. Bir, təməl haqq özgürlük. Bunu soruşmuram ki. Elə Hayır. xoşbəxtliyi mən tərifləyəndə bax bilməm, mən dedim ki, əgər istəyirsən xoşbəxtliyi mən tərifləyəm, budur da, istəyirsən keçək o ayrı sualla. Yox, xoşbəxtliyi tərif eləyin, azadlığı yox. Azadlığı mən bilirəm, xoşbəxtliyi bilmirəm. Xoşbəxtliyi, azadlığı bilsən, xoşbəxtliyi də biləcəksən də. Yox, bilmirəm. Xoşbəxtlik nədir? Xoşbəxtlik 6-cı sütundur. Xoşbəxtlik 6-cı sütundur. Jefferson modern dövlət sisteminin 5 sütunu var. Son sütunu xoşbəxtlikdir, mutluluqdur. Hər insanın mutluluğun da qoşmaq haqqı var. Jefferson bunu 6-cı sütun olaraq modern dövlətin xımı qoyubdur. Yox, mən baxın, yenə də məndən kəlmə ilə oynadınız. Mənası nədir xoşbəxtlik? Mən necə xoşbəxt oluram? Sən necə xoşbəxt olsan? O zaman ki, sən bütün öz torpaqlarıyla, öz mülkiyyətin, öz torpaqlarının deyəndə, yəni bütün Güney Azərbaycan və bütün Azərbaycan torpaqlarına sahib çıxdığın zaman və bildin ki, o torpaq sənindir. O torpaq bir dənə hizbin deyil, o torpaq bir dənə dövlətin deyil. O torpaq xalqımındır. Mən də bir xalqam, 50 milyon Azərbaycanlı olam, ya 40 milyon Güney Azərbaycanlı olam, o torpaq 40 milyon insanındır. O insan ona sahib olduğu zaman gecə evdə başın rahat yatacaq, qoyacaq yere yatan. Nəyə? O pulu ki, sərvəti ki, bugündən dövlət oğlu, İran faşist dövləti, onun sərvətin oğlu, o sərvət öz bank mərkəzində gələcək nəsillər adına töküləcək və o sərvət həmin adam ki, eşikdə gedir, işli gündə bilməm neçə işli, onda hər neçə işləsə, pulu, gəliri müsavi olacaq Amerikada, Japonda, dünyanın hər yerində olurlar. Onlardan onlardan üstün də hüquq alacaq və o pulu ki, cibində olacaq, o onun xoşbəxtliğini çağırır gətirəcək. Çünki gələcək uşaqlarına, öz evinə nə istəsə yaşayacaq. Nə çox keyif içərsən yaşayacaq. Nəyə biz yaşayırıq? Bədbəxt yaşamaq üçün. Biz xoşbəxtlik üçün yaşayırıq. Əgər bədbəxtlik üçün yaşayacaq, iki yol vardır. Ya ki, fəlsəfi siyasi azadlıq deyil, mən demirəm. Protestanın yolu xoşbəxtlik yoludur, katolikin yolu bədbəxtlik yoludur Avropada. Din rabitəsində gəlində. Bunu da sonra açıqlayacaq əlbəttə. Tamam. Budur. Bilməm, indi biraz oldu yox. Mən qane olmadım. Qane olmadım. Yəni gedib tapmadım ki, xoşbəxtlik nədir? Mən məcburdam sizi qane eləməyə. Yox, mən xoşbəxtliyin mənasını bilmədim. Yəni mən xoşbəxtliyin çoxlu tərif etmişəm. Mən dedim də, sən o zaman ki, sən və mən öz torpaqlarımıza sahib olduq. O pul içində quldurluq elə, o öz cibimizdə qaldı. O bizə xoşbəxtlik gətirdi. Yox, məsələn deyək, indi Türkiyədə insanlar xoşbəxtlərmi? Yox. Türkiyədə modern torpaqlarının sahibləridirlər. Türkiyədə modern yox. Kim deyir? Dövlət, hökumət hər o Türkiyədə hökumət ki var, hakimlər gəlirlər, hizblər gəlirlər. Bunlar hizblər orada partiyalar bir-birlərinə rəqabət edirlər ki, hökuməti keçirirlər. Hökuməti ələ keçirdən xalqın sərvətinə sahib olursan. Nə deyirsən? Bugün dünən Erdoğan hökumətə gəlməmişdən qabaq 5 parası yox idi. İndi trilyardla pulu var. Hardan? Xalqın pulunu quldurluq edib, oğurlayıb. Çox sadə. Sən Türkiyə dövlətini müqayisə etsən Alman dövlətini. Haşim bəy, necə İndi Almanı da desiniz, Almanı da deyərəm. Almanda insanların məsələn deyirəm, Kanada ilə müqayisə desək, məsələn deyirəm, Kanadada evlərin kiçikliyi 100 metrdən başlayır, Almanda 30 metrdən başlayır. İndi nə cür ölçürsünüz bu şeyi, xoşbəxtliyi? Bilirsən nə cür ölçürəm? Buradan ölçürəm ki, indi Kanadada dövlət istəyə bir dənə qarada keçsə, millətin zərərli olar, millət dəycə tökülər işi, hamısı xiyabana. Hamısı xiyabana tökülər, xidlərindən yapışar, atarış. Bir şey de yoktu. Siz fikirsiniz. Covid'den bu yüzden 3 beraber kıymetler gedib yuxarıya bizim dəstimiz havandır. İşlərimiz havandır. Çətinlikdə yaşayırıq. Yüzlər min nəfər bir qulaq aslında. Lütfen qulaq asın. Danışmalım. Torontoda 6 min nəfər evi icarə eləyə bilmir, maşında yatır. Yaxşı. Tamam. Bir dəqiqə dayanın. Neçə dənə orada pənahəndə var? Neçə nəfər pənahəndə var orada? Nə bilim, neçə nəfər var? Niyə bilmirsən? 1 milyon var ya, yox. Çox olar. Yaxşı, nə qədər İranlıdır?
Bir 10 il bundan qabaq yazmışlar 120 min zadı İran. Pənahəndələri yox ha. Kollən İranlılar 120 min nəfər idi. İndi İndi də olar məsələn 150. 120 mində. İndi İndi ola azı 400-500 bilər min 150 min. İranlı var. İndi ola bilər 150 min zat İranlı olur. İranlı. Pənahəndə yox ha. İranlı. Pənahəndə və İran fərqlənmir. Hər hamısı. Baxın, niyə gediblər orada? Çünki orada azadlıq və ədalət var. Bilirsiniz, fəqət ona görə. Xoşbəxtlik başqa bir şeydir. Azadlıq və Azadlıq və ədalət başqa bir şeydir. ədalət həmin xoşbəxtlikdir. Tamam. Anladım sizlər deyirsiniz. Necə Onu da təşkilatdan bu da? ədaləti də üstündə danışacaq. Azadlıq Haşim və bəy, bəli, ədalət. danışacağıq. Haşim bəy, təşkilat, məsələn, indi bir nəfər istəyir bir parti qursun. Deyir ki, Azərbaycanın lider bu Liberal Demokrat Partisi məncə yetərli deyil. O birisilər də yetərlidir. Mən istəyirəm bir parti quram. Partini necə qurmaq olar? Nə üçün istəsə yaralda bilər. Fəqət kafidir ki, özünə tay insanlara tapa, ideolojisini araşdır ki, ideolojisi nə olacaqdır, ideolojisini müşəxəs eləyən və o hansı sistemə bağlıdır. Ay, modern dövlət sistemini istəyir, ya İran, ya bizim bölgəmizdə olan sistemi istəyir. Bizim bölgəmizdə olan sistem üstdən aşağı gəlir, rəhbərlik sistemidir, üstdən aşağı gəlir, ağa-babalıq sistemidir. Modern dövlət sistemi ağa-babalıq sistemidir. Nə qədər də dağlı qalsa Kanada, Alman milyonlar dəfə İrandan, Türkiyədən, obsi ölkələrdən qabaq. Tamam. Hər kəs yalvarı olaraq gedər. Tamam. Sizin təşkilat necə quruldu? Biz o zaman ki təşkilatların içindəydik, Qamohun içindəydik, ya KDP-nin içindəydik. Məsələn, çox saatı KDP-nin içindən deyim. O zaman ki, mən KDP-nin qurucularındanım. KDP hangisi olur? Adət eləmişəm KDP deməkdə cadət. Güney Azərbaycan Demokrat Partisi. Əlbəttə, mən adət eləmişəm, elə KDP, bu özümüzünki də elə KDP demişəm, KDP. Bəli. Buyurun. Sağ ol be. Tuttun ha, səsini çıxartma. Sizin təşkilat necə quruldu? Baxın mən, belə oldu. Biz KDP-də işliydik, qurucularındanıq, kongremiz vardı. Və o kongrede ittifaqın canlı yarım pəxş olurdu. Canlı pəxş olurdu. Mən və ad gətirməyəcəyim bir dənə xanım orada paltarlıq otağın dolandırırdıq. Burada gəlin ad gətirməyəcəyim KDP-nin başında olan şəxs və içəridən 2 nəfər ki gəlmişlər, olan bir də bu şəxslə bərabər. Bu çönlü obsinə dedi ki, qərar olmayıb Haşimi qoymayaq bu məsələn, heç bir zətdə dixalət eləyə. Qərar olub ki, bu paltarda zətdə orada olmayacaq, bu bizində heç birində olmayacaq. Niyə bax? O məni görmürdü. Bu sözü. Bu açıq və aydın mənə görsəndi ki, bunlar dalda oturub bərnamə tökürlər, proje tökürlər öz-özlərinə. Mən o təşkilatın qurucusuyam. Mən o adamam ki, onlar şəhkidəydilər. O Güney Azərbaycanın Filistinə bənzər bayraq. Mən onun adını qoymuşam, o Filistin bayrağıdır. Ya İmparator Britaniya yaradan bayraq. Ki, İmparator Britaniya yaraldık da Filistinə də. Bizi də ona bənzədiblər ki, biz də ona buna bağlı olacaq. Biz də İran dövlətinin it olacaq. Ona görə o bayrağı aldıblar əllərini. O bayrağı o zaman mən götürdüm. O YouTube'da, mitingidə, mən təzahüratda mən aldım əlimə böyük bayrağımız vardı. Onda bu şəhərin məsələsində bu topludum. İstockholmdan, o Özbəkistan hamı gəlmişlər. Oradan dostlardan ki gələn vardı. Gəldən mənə dedilər, sən niyə filan kəsin bayrağım? Adını gətirmirəm, görürsən. Daha sən mən qorxam mənfi yazırsan. Sağ olun, təşəkkür edirəm. Deyir, sən niyə filan kəsin bayrağını alıbsan əliyə? Bu sözü deyəndən sonra mənə bu görsəndi ki, bunlar dalda özlərinə bir rəhbərlik sistemi yaradıblar. Bəqiyə uzvlar ki var, bilələrini elə bil, mührədir. Bunlar necə xoşlara getsə, o cür oynadacaqlar. Amma onlar bunu hoş eləmirlər ki, mənim nə qədər şəxsi olaraq özüm nə qədər güclü insanım, belə deyim. Çünki niyə? Azı bir 20 il mən siyasətdə işləmişəm. Solsuz olunsa, təşkilat içində işləmişəm. O, Maksim nə qədər kitab desən, hamısını səfəy oturub oxumuşam. Axı, olan o təcrübələr ki, mən əlimə gətirmişəm oradan və bu yandan bu bəxordular ki, olur o içəridə, onda baxıram görəm, vərəq elə bir
ay geçirmiştik. Tabii siz olsanız ne inersiniz burada? Ha? Orada ne iner? Ben de düşünürüm. Ben nədən qalım? Mən əgər qadi deyərəm, bunlar rəhbərlik, bu da eynən təşkilat kimi rəhbərlik də var edirik axı. Onu ki biz qoyduq, cəmağı biz qoyduq, cəmağı biz qoyduq dış qolunu. Orada bir rəhbərlik də var. Üstündə bunlar bir yedilər, doğradılar və bizim o böyük orqanlarımız ki, hər yerdə baxır. Bunlar da maşallah buna hamı birlikdə Güney Azərbaycan bir-biri çalırdı elə. Heç bir ortada biri yox idi ki, deyə baba, bu işi görməyin, ikiniz də çəkinin, abı gedir. Güney Azərbaycan Milli Hərəkatını siz xiyanət edirsiniz hamıyız bu məsələdə. Bu məsələlər məni incidirdi. Və buna görə təsmin tutum, özüm müstəqil bir hərəkət yolasın. Və bu yolu ki, təsmin tutum, dostlardan var ki, məndən də bir düşüncə dəyədilər. Qabaqdan da elə, düşüncədə də elə aynı zatlar gəlirdi. Bunlarla bərabər başladıq biz bu təşkilatı yola saldıq. Güzel. Sizin parti istiqlalçıdır, federalçıdır, biz azadlıq, özgürlük partiyayıq, özgürlük partiyasıyıq. Biz istiqlalı istirik, istiqlal amma azadlıq olması olmaz. Əvvəl azadlığımızı istirik, onun nəticəsi istiqlal olmaq. Olar ki, bugün fəqət deyim, mən istiqlal istəyirəm. Buna görə istiqlaldan danışırlar fəqət çünki azadlığın fəlsəfəsini bilmirlər. Azadlıq, bizim milli hərəkətimizin də əsas şüarı azadlıq, ədalət, milli hökumət. Onda əvvəldə gələrdi istiqlal, ədalət, milli hökumət. Azadlığı niyə işlədirlər əvvəldə? Tamam. Buna görə ki, hədəf azadlıqdır. Sizin istiqlalçısınız da həqiqətdə, yəni federalçı deyilsiniz. Bəs bunu da bir icazə vermə açıqlayayım. Baxın, mən bir federalistəm. Yaxşı. Əvvəl azadlığımı alacağım. Ondan sonra müstəqil dövlətimi yaradacağam. Müstəqil dövlətimi yaradandan sonra ədəmi, təmərküzü, qüdrət gərək Güney Azərbaycanda hakim. Tamam. Yəni istiqlalçısınız, amma istiqlaldan sonra Güney Azərbaycan federal olacaq. Federal Gözəl. Olmayacaq. Ədəmi, təmərküzü, qüdrət. Yerli yönetim sistemi. Yerli yönetim sistemi, yəni Qaradağ Nədir federal? Əvvəldə dediniz federalçıyam, onu gəldim. Baxın, mən istəyirəm onu yerli yönetim sistemi deyəndə, yəni hər şəhər citizen, necə Amerikada citizen var ha, hər şəhər özün idarə eləmək qabiliyyətini alacaq əlinə və bağlı olacaq. Əlbəttə, İndi federalçı istiqlal birinci mərhələ, içdə, yəni istiqlal eşikdə, içəridə ideoloji yox. Eşikdə istiqlal, içəridə federal yenəmənə. İçəridə federalın məhfumu yoxdur indi. Və indi də eşikdə federalizm yox, indi o da demirəm. İstiqlal eşikdə, yəni Azərbaycan müstəqil olur. Eşikdə istiqlal, içdə, yəni idari sistemdə federal ya yox. Biz müstəqil dövləti yaradandan sonra ədəmi, təmərküzü, qüdrəti sistemini... Bəs federalçı deyilsin. Federalçı deyilsin, ədəmi təmərküz. Ədəmi, təmərküzü, qüdrəti biz yaradandan sonra modern dövlət sisteminin ədəmi, təmərküzü, qüdrətə dayanır. Yəni, dövlətin tamamı orqanlarında güc olacaq, mütləq güc bir nəfərdə olmayacaq. Bir adamın hər zat yarışmayacaq. Hər halda, yəni icazə buyurun. Bunların üstündə tartışmayaq, yerində tartışacağıq. Siz eşikdə istiqlal, içəridə federal istəmirsiniz bəs. Əvvəldə üçün dediniz, mən federalçıyam, sonra tərcih verdiniz. Dünyada bu cür gedir ki, əgər istəyəsən, sən federalizmdən danışasan, federalizmi fəqət modern dövlət içində danışa bilərsən. Federalizmin məhfumu fəqət modern dövlət sistemində var. İran dövlətində federalizm... Cənabınız şimdi decentralizdan danışırsınız. Yəni, ədəmi təmərküzü qüdrət, oradan danışırsınız. Orada modern dövlət deyil, ya nədir? Modern dövlət sistemidir. Modern dövlət sistemidir. Əsası ədəmi təmərküzü qüdrət. Yox. Tamam. Təşkilatın prensipləri hansılardır? Baxın, biz opsi təşkilatlara bənzər bir təşkilatdayıq. Tamam. Bizim təşkilatımızın əsas prensibi, yəni əvvəla bürokrasiyadan biz qaçan bir insanlarıq. Bürokrasi bizim düşmənimizdir. İctimamızın böyütən tormozu bürokrasi sistemidir. Biz bu sisteminə girmənik belə bir sistemlərin içinə. Bürokrasi idarədir, yəni idarə. Yəni sistem fəqət idarələr üstündə də yaranır. Məsələn, bugün fərz edək, İngilistanda anayasa yoxdur. Yoxdur da. Amma nə var? 5 dənə liberal
liberal demokrasinin 6 dənə liberal demokrasinin əsas sistemi oturub, hamı ona dayanır. Onun üstündə ölkə dolanır. Sistem idarə qədər azdır ki, sürətlə hərəkət var insanların içində. Sürətlə işlər qabağa gedir. Prensipləri nədir? Prensiplər, sizin partinin prensipləri nədir? Fəqət insanlıqlardır. Ayrı prensipimiz yoxdur. Təşkilat olaraq əsas hizb olaraq əsasımız budur ki, hər kəs bu hizbin üzvü olsa, birinci bu ideolojini qəbul edəcək. Hangi ideoloji? Liberalizmi. Tamam. Liberalizmin ideolojisini qəbul elədiyi zaman bunu öz başına, tək başına təbliğatın başlayacaq apara və özün səhnədə eşikdə olsa, səhnədə özün göstərəcək, bir an ki bizə bağlanan, öz hərəkətini 2 ilin içində göstərəcək ki, nə səviyyədə hərəkət aparır qabağa, o səviyyəni ki göstərdi özündən istəyə-istəmir o bizim üyəmizdir. İstəyə-istəmir o bizim üyəmizdir. O bizim bir möhkəm üyəmizdir. Mən oradan danışmırdım. Onu soruşacağım. Mən prensiplərdən danışıyorum. Məsələn, sizin üyəz ya partiniz, sizin partiniz və üyəz hangi əsaslarda hərəkət edir? Əsaslarımızın biz adıbda buyur ki, Güney Azərbaycan və Azərbaycan torpağının bütövlüğüdür. Güney Azərbaycan torpaq bütövlüğünün yanında duracaq hər zaman. Azərbaycan bütövlüğünün yanında duracaq. Turan dövlətlərinin qurucularından olacaq. Qurucu yaradanlarından olacaq. Çünki Güney Azərbaycan Təbriz azad olmasa Turan da olmayacaqdır. Bunların hamısında əsas bizim bunları yəni qəbul eləməlidir bir izad oldu. Və bunun üstündə nə gəlir? Bizim o liberalizmin ideolojisi gəlir. Gərək buna müsəllət olasan və bunlarla bərabər hərəkət etsən, qutuldu. Tamam. Hər bir təşkilatın ən önəmli işləri, hər bir təşkilatında sizin üçün demirəm, ən önəmli işləri nələrdir? Bizdə onların içindəyik də. Təbii ki. Amma hər bir təşkilatda, yəni sizə də şamil. Ən önəmli zadı budur ki, o təşkilat olduğunu göstərər. O təşkilat əgər bir sistemi olmasa təşkilat deyil. Var, hər təşkilatın sistemi var. Söz buradadır. Hər təşkilatın ki varımızda, bunların hamısının bir sistemi var dayanırlar. Bir, budur ki, sən bunu deyəsən ki, mən sistem üstdən aşağını istəyirəm. Bir, budur ki, aşağıdan yuxarı gedən sistem istəyəsən. Məsələ buradadır. Bizə böyükdən prensip, əsas prensip budur bizim təşkilatımızın öz içində də. Mən sözlüyəm, mənim haqqım yox. Məsələn deyim, mən 2017-də bir dənə manifest qoydum ortaya, 100 illıq. Geçmiş 100 ildən bir günə gəldim, bir gündən gəldim 100 il sonraya. Bir dənə prensip qoyduq ortaya, zat qoydum. Məmalik Məruzanı Dövlətlər Birliğini əsasında. Sonra bizim dostlardan gəldim, böyük tənqidə çəkdilər məni. Dedilər, sən ki bu zadı deyibsən, bu bizim prensiplərimizlə yemir. Biz öncə Güney Azərbaycanın azadlığını alacaq, torpaq azadlığının bütövlüğünü alacaq əlimizə. Güney Azərbaycan bütövlüğü alınandan sonra, dövlətimizi yaradandan sonra əgər eləyəbsək birliğə gedəcək, bütövlüğə gedəcək. Əgər eləyəməsək Güney Azərbaycan dövlət torpağının içində, torpaqlar içində o əsas ki, azadlıqdan bağımızdır, bütün verəcək eşiyə, o bəyaniyəni əgər başqa xalqlərdə qəbul eləsələr, onda otomat o zadı yaradacaq. Amma biz o mərhələdə deyək, sən o mərhələni indi qoyubsan ortaya, biz o mərhələdə deyək. Ona görə o prensiplərə dayanaraq mən də geri çəkdim o zadımı. Amma yenə də Facebookda qalır. Əsla və bir də heç onu təbliğatını da aparmırıq, saxlamışıq. Tamam. İndi mən yenə burada baş şapmadım ki, ən önəmli işlər hər bir təşkilata nədir? Hər təşkilatda mən dəqiqən bunu mətələdim qardaşım. Ki, sistemi, bilə ki, hansı sistemi istəyir, hər təşkilat, onun təbliğçisi, onun tərvicisi olmalıdır. Burada bizim bir sıra təşkilatlarımız var, rejim əvəz eləmək düşüncəsindədirlər. Çünki deyirlər, rejim əvəz eləsək, eləyə bildik bir, məsələn, hakimiyyət yaradaq. Bir dənə rəhmətli Pişəvər kimi bir hakimiyyət yaradaq özümüzə. Müstəqil bir hakimiyyətimiz ola bilər. Bu düşüncədədirlər. Biz də bunu və burada da bu var ki, həmin rəhmətli Pişəvərin sistemi ki, yaratmışdı, üstdən aşağıya gəlirdi. Məsələ buradadır. Və indiki bizim partiyalar ki, təşkilatlar ki, varımızda bütün, bunların yəni 90%, yəni hamısı da bizdən sonra, hamısı
sistemi üstdən aşağıya gəlir. Tamam. Rəhbərlik sistemini qəbul eləmirlər rəhbərlik sistemini. Nəfi edirlər özləri rəhbərlik sistemini. Amma onun yerinə şuraya rəhbərlik qoyurlar. Sabahlamsa nədir ölkənin sistemi nə əsaslı olacaq? Sən ki modern dövlət sistemini qəbul eləmirsən, tamam. Eləmə, istəmirsən özün desən. Mən Tamam. zorla heç O birisi təşkilat təşkilatlara getməyin. Fəqət öz. O birisi Siz o təşkilatlara təşkilatlar getməyin. Mənfi dediniz, nömrə mən də verməyə ona- məcbur oluram. Mənfi nömrə verməyə məcbur olurum. Fəqət Yox özün. qardaş, sən özün dedin mənə təşkilatlara görə danışdın. Yox. Təşkilatlar nə Fəqət- inəsin? Yox, baxın, deyirəm ki, hər təşkilatın önəmli işləri nədir? Siz nəql eləməyin ki, təşkilatı. Mən tərsi anladım. Mən belə düşündüm ki, hər təşkilatda belə mən bu cür iştibah anladım bəs. tamam. Mən yoxsa mən Diqqətli olaq. üçün Çünki fəqət danışıram. hər bir tənqid o birisi təşkilatlara bir Yox, mənfi mən nömrə verir. tənqiddə idim. Mən dedim onların düşüncələridir. Mən onları tənqid eləmədim. Tamam. Bir təşkilatı qurmaq üçün hangi əsaslar lazımdır? Dedim, fəqət budur ki, bizim mühümtən əsas məsələ buradadır ki, bir gələcəyi görəsən, biləsən ki, nə istəsən, hansı əsasda istəsən, Güney Azərbaycanı yarıldasan, bunu gördüğün zaman eləyə biləcəyin bir təşkilat yarıldasan. Və bunun əsas prensibi də, əsas zadı da bizə Baxın, burada bu sualda soruşmuram ki, istiqlalçılar nə istəyirlər, bunların prinsipləri nədir? Deyir ki, məsələn, Həsən gəlir sabah bir parti düzəldə, o təşkilatın əsasları nə olmalıdır? Hər bir təşkilat, başqa təşkilat. Mən də deyəm, o təşkilat ki, təzə parti qura, mən onlarla deyəm, əzizlərim, çox mən səvinirəm ki, siz partiya yarıldasınız və çox ola bizim təşkilatlarımız. Tamam. Çox önəmlidir. Siz bu təşkilatları yarıldanda diqqət edəcəksiniz. Hansı sistemi istəyirsiniz? İndi dünyada 2 dənə sistem vardı. Biri vardı, bizim bölgəmizdə olan dövlətlərin sistemidir. Hamısı da indi görürük nə vəziyyətdədirlər. Bütün bölgəmizdə olan dövlətlər. İranda olan içində üstdən yuxarı aşağı gələn sistemi. Demokrasi olan da sistemdə hizblər rəhbərlik yerinə otururlar dövlət içində. Dövləti alandan sonra dövlətin bütün mal varlığı hizbin əlində olur, rəisi hizbin əlində olur. Bir bu model var istəyəsiz. Bir də bu model var ki, dövlətin sadəcə hüququ var, hüquq. Yəni dövlətə xalq oturur, hüquqların yazı qoyur qabağına deyir, dövlət sənin işin bu deyil, sən tacir deyilsən. Sən mədrəsən olmamalıdır, sən fabrikin olmamalıdır, sən tacir deyilsən, kişavəz deyilsən, sən döydü deyilsən, sənin bimaristahın olar. Bunları qoyursan qabağına ki, bunlar dövlətin vəzifəsi nədir? Mənim canımın mühafizəti olacaq, mənim malımın mühafizə olacaq. Mənim o 40 milyon insan var. Mənim həddi hüdudumu həmsayəmdən mühafizə olacaqdır. Mənim mərzi torpaqlarımın bir vəcəbini qoymayacaq bir qanə təcavüz edir. Dövlətim, mən o sosial işlər ki vardı, sosial şərait ki, şəhərlərimizi dolandırmaqda var. Bunun öhdəsini veririk dövlətə. Deyək, sənin işindir bunları yaraldasan. Məsələn, bunlar nədir? Düşüncə özgürlüklərin damdan vurmalısan, yaratmalısan. Qoymayasan, biri-birinin qabağını Allah diktatorluğun edə ifadə özgürlüğü olmalıdır. İfadə özgürlüğünün, basın özgürlüğü olmamızdır. Ondan sonra sərbəst piyasanı yaratmalısan, qoymayacaqsan bir nəfər təkərli ola deyə. Mən bir dənə fabrik qurmuşam. Heç kəs daha buna bir dənə maşın ya telefon fabrikim var ya filan vardı. Ona bənzər fabrik qoymayacaqsan, dövlətin vəzifəsi deyəcək, yox, mən bu xalqım, dövlətim bu istəyir sərbəst piyasa olur. Yəni, hər kəs nə qədər istəsə, o fabrikdən açacaq. Hər kəs yaxşı servis versə, hər kəs ucuz versə, hər kəs keyfiyyətli versə, xalq ondan alacaqdır. Və bu vəzifələri biz dövlətə verəndə ki, açarıq şurası bunların hamısı, yəni təşkilat, bunlar təşkilatın gələcəyi bunların üstündə dayanır. Niyə? Çünki sabah biz iddiayı hakimiyyətli edirik. İddia edirik sabah biz Güney Azərbaycan dövlətində Liberal Demokrat Partiyası qadirdir hökuməti əlinə ala. Seçmə gedəcək. İndi sizin mənsub olduğunuz parti təşkilatın idarə sistemi neçə mərhələlidir? Bizim gənə də burada deyim, bizim fərqimiz opsiyalarla buradadır ki, burada Hər soruşmuram. Sizin idarə sistemi neçə mərhələlidir? Məsələ buradadır ki, burada təxəssüslər gəlir ortaya. Biz indi bu mərhələdə mübarizə içindəyik. Bu mərhələdə biz mübarizə aparıq. Bizim mühüm məsələ budur. Tamam qüvvəmiz öz adımızdan, liberalizmin adından yox. Bəli,
ədəmi təməkküz düşüncəsini aparacaq xalqımızın içine aparmalıyıq. Bu məsələni biz tərviz verib və eşikdə Avrupa'da, Amerika'da yetişen, mesela bir numune vurayım. Mesela Süed'de, bir dakika koyman bu Benim sorumu, yok, ben sorumu bir de soruşum. Sizin mensup olduğunuz təşkilatın idarə sistemi neçə mərhələlidir? Məsələn, o birisi partilərdə, danışdığım partilərdə, mən danışmışam öncədən 5 dənə partilə, onlarda sözcü var, mərkəzi şura var, komitələr var, ondan sonra aşağıda gedib üzvlər var. Sizinki nədir? Biz indi bunu, mən bu cür demiş. Bizimki aslında biz o zatda da qoymuşduq ortaya. Biz 4 ildən beri seçimi qoyuruq. 4 ildən bir seçim qoyuruq. Başkan deyə hər 2 il dövrədən bir əvəz olacaqdır. Sabit qalmayacaqdır. Heç zaman bizim təşkilatda. Ondan sonra tamamı o şəxslər ki, gəlib orada orqanlar ki, yaranacaq, o təxəssüslarının qabitəsində olacaqdır. Mütəxəssis qüvvələr orada oturacaqdır. Çünki bizim hər zatımız təxəssüsü qabitəsində gedəcəkdir. Mənim məsələn o təşkilatda, mənim gələcəkdə bu təşkilatda yerim yoxdur. Açıq deyirəm mən. Çox net. Onu danışmırıq. Baxın, sualım çox müşəxxəsdir. Sizin təşkilat neçə mərhələdir? Biz bir dənə seçimə gedərik. Çox uzaq. O seçimdə hər qüvvələrimizin hamısı müşəxxəs olur. Kim harda oturacaq, kim harda olacaq. O qüvvəsini alacaq, 4 iləcən yapacaqdır. Məsələn, cənabı sözsüzsüz. Yəni, ən başda cənabısınız. Hatta qurucu olaraq, düz. Yox, qurucu yox. İndi lidersiz də, ələn orada kilistədəsək lidersiz. Hadi. Mən indi düşüncələri yazıb qoyuram ortaya, davamını da görsün. Tamam. Orası özündə. İndi başda lider var. Liderin altında kim var, nələr var? Onlar qalacaq qıraqda. Onların əslən üstündə söhbət eləmirik biz. Yox. Heç umanda. Neçə mərhələlidir? Mən istəyirəm gələm cənabımızın hizbizə üzv olam. Sən onda bir illik liberalizmi öyrən, təbliğatın, təbliğatına bağlı biləsən. Bir dəqiqə. Mən istəyirəm gələm hizbizə üzv olam. Göz yumudur ki, gəlməyəcəm. Mən gərək biləm ki. Yox, göz yumu almıyor həkəsi. Tamam. Sən istəsən. Mən gərək biləm ki, sizin parti neçə mərhələdir? Mən bu mərhələdən ki, başlayıram. 2 ildən sonra üzv oldum. 2 ildən sonra mən hara gedəcəm? Ondan sonra 4 ildən sonra hara gedəcəm? Baxın, biz bunu əvvəldə də qoyduq ortaya. O şəxs ki, gəlib bu təşkilata üyə olub, üyə olandan sonra bunu tamamən bu ideolojini mənimsəyib və eşikdə bunu ortaya qoymağınla gücünü ortaya qoydu. Adi üzvdür, tamam, bu adi üzvdür. O gücünü ortaya qoyduğu zaman otomat gəlir bunun yuxarısı. Oldu üzvdür, bu oldu üzvü məmuli üzv, tamam. Yox, biz orada bu məsələni qoymuşuq. Onun o təxəssüs nöqtəsində bu orada gəlir feili halda. Çünki biz bir dənə diktatorluq sisteminin içində yaşayırıq. Biz heç ünvanda qərar qoymuşuq, heç ünvanda seçim qoymayacaq. Heç ünvanda seçim qoymayacaq. Çünki o dostlar ki gəlirlər bu hizbin içində, bu partiya. Orada seçim də olmayacaqdır. Olmayacaq. Niyə? Çünki biz düşmənimizə fürsət verməyəcək bizi tanıyır. Biz gizli təşkilat. İçilə nəzir değişiləcək rəhbər. Lider nəzir değişiləcək içilə. İçildən içilər, lider nəzir değişiləcək. İndi mən sənə deyim də, nəzir olaq. Baxın bəy, gizli hərəkətdə istəyək bunu bilək. Biz müraciət edəcək rəhmətlik Məhəmməd Əmir Rəsulzadənin yaratdığı Hümmət təşkilatına. Hümmət təşkilatını bunlar nə cür yaratdı və nə cür aparıblar, dəqiqən onun üsulları, prinsiplərini biz götürmüşük. Dəqiqən budur. Məsələ buradadır. Burada məqam davası yoxdur bizim içimizdə. Burada ideoloji, o ki bu ideolojini götürdü. Mən ki bilirəm. Məqam davası var. Cənabınızı mən heç vaxt değişə bilməyəcəm. Mən heç vaxt lider ola bilməyəcəm. Niyə gəlim o partiyə? Sən liderlik dəydin olsan, get ayrı partiya. Bizim partiyada otur bizə çox. Mən istəyirəm gələm bu partiyə, amma istəyirəm lider olam. Bu partiyaya gəldin. Elə ki biz İslamını dağıtdıq Güney Azərbaycan torpağımızda. Bildik ki oraya geçirik. Biz onda zaten zatımızı qoyacaq. Quruluqlaşımızı göstərəcək. Bizim təşkilatımız o zaman səhnəyə çıxacaq ki, onda həmin Vizarət İttilat qalsın, baxsın, görsün, hardan gəlir. Tamam. Çünki biz indi bunu ortaya qoysaq, nədən bu zadı deyəm? Bir dəqiqə icazə verin. Çünki bu təcrübəni mən geçmişdən ələ gətirmişəm. Ki, nə cür siyasi şəxsiyyət
fəaliyyətləri bunlar dağıldıblar. Necə bunlar tuturlar? Necə sən təşkilat yaradacaqsan? O təşkilatı modern göstərsən, demokrasi göstərsən, fəaliyyət eləsən, intixabat qoyasan, indi çoxları o cəli. Biz o cəlisək, yəni nə? Yəni özümüzü qoymuşuq boş qabın içinə vizarət itilat buyur. Sən gəl get filan gəlsən, dədəsindən, nəsən, xaloğlusun tut. Hər neyini sən elə. Bu da sizin təşkilatın bir mədrəsəsi, okulu, təlim sistemi varmı ki orada indi də insanlara amuziş versin? Əlbəttə, indi də var. 100% var. Özdə bütün dünyada varımızdır. Baxın, mən... Sizin hizbin ha? Siz federal... Bizim hizbin deyil. Ha? Bizim hizbin deyil. Mən ay hizblərdən danışmıyorum. Liberal Demokrat Partiyasında. Baxın, mən hər həftə danışıqlarda, hər yerdə bunu qoymuşum ortaya. Hər insan ki istəyir bizi yaxşı tanıya, deyəcək, modern ölkələrin, bütün modern ölkələrin, dövlətlərinin Wikipediyasına orada yazacaq liberalizm nədir? Geçəcək, İngiliscə başlasın, nə mənə debatda ki gedir, İngiliscə olaraq olacaq. Türkçə yazacaq, Türkiyə Liberal Demokrat Partiyası. Onun deyəcək, bütün danışıqlarına baxacaq. Dənə-bədənə, üstdən əşyalar. Hər hansında tənqidi var, hər hansı ağlına batmır. Müxtəlif adlarla gəlsin, müxtəlif adlarla, adsız, qız adı, oğlan adı, nə adda gəlir gəlsin. Mənim səfərimdə geçəcəklər Həsənin Hüseyin adı altında yazacaqsan, yollayacaqsan mənə, cavabını alacaqsan, yox. Onda özün bilirsən neyinsin. Çünki heç unvanlar bir dənə. Haşim bəy, təlim sistemi bilirsiniz nədir? Təlim sistemi qəşəng biliyorum nədir. Nədir? Baxın, indi sizə çox sadə bir söz deyim. Siz istəyirsiniz liberal demokrasını öyrəşəsiniz. Ha? Yox, mən sizdən nə soruşdum? Mən də istəyirəm də, deyəm nədir? Siz deyirsiniz nədir? Mən də onu cavab verirəm. Yox, çox sadə. Cavab verin. Mən öz olar ki bizlə bərabərdir. Onlara demişim, deyəcəksiniz, Cəmtürkə yazacaqsınız, liberal demokrasi dəstələri. İkin eləməyək, onları eşitdim, onları eşitdim. Mənim sualım budur. Sizin kamilən təhvil almasam soruşarım. Baxın, mənim həm hafizəm çox güclüdür, həm də dərin savadlıyam, həm də fəlsəfə oxumuşam. Çox qəşəng. Tamam. Onun üçün sizin söhbətlərinizin dana için atıram ki, bəlli olsun içində nə var. Fəlsəfədə biz sözlərin için bilməliyik. Arkasında o nə yatır hər kəlmənin. İndi təlim sistemi nədir? Təlim sistemi odur ki, bir ki bizə üye olub, rahatlıqla... Sizin yox. Təlim sistemi nədir? Sizinki nə biləm? Bizim sistemimiz. Təlim sistemi fərq edir. İki cürə var. İki sistem içində biz təlim gedir. Bir, İran adlanan ölkə kimin ölkədə təlim sistemi var. Dayanıq dövlətin ideolojisinə, dinçilik və faslılıq, ona görə nə mənə tarix, coğrafiya, din istəsən, hamısı başdan dibə yalan. Bir o model sistem var. Bir də bir sistem var, dünya standartlarında gedir. Dünya standartlarında gedəndə fəqət modern dövlət sistemi vardır. Modern dövlət sistemi nə mənə qoyuruq, bütün ölkələr hamısı onu götürür. Baxın, yenə də mən başlatmadım. Yəni, baxın, məni gicələməyin. Lütfən məni gicələməyin. Baxın, təlim sistemi nədir? Təlim sistemi çox sağ. Sən o zaman ki, öyrəşsən, dövlət sistemini soruşmuram. Nə çox bu dövlət yaranıb, onun təlimini almaq, onu öyrəşmək, onu uşaqlığa veyə bilərsən. Dövlət sistemindən danışmıram, fəlsəfəyə, dövlətdən danışmıram. Dövlət fəlsəfəsindən danışmıram. Müdiriyyət fəlsəfəsindən də danışmıram. Təlim sistemi haraya bağlı olar? Təlim sistemi özün yanı nə mənə? Təlim sistemi yanı nə mənə? Bağlılığın nəticədə olmasın. Təlim sistemi dövlətdən danışma. Mən də deyəm, təlim sistemi dövlətə bağlı olar. Tamam. Bağlılığın dəmir. Siz mənə deyin ki, o təlim sistemi ki, dövlətə bağlıdır, o nədir? O modern dövlət sistemi necə bir uşağın şəxsiyyəti əzilməsin, necə uşağa bir şəxsiyyət verək ki, uşaq insanlı insan olsun, yetişsin, insan kimi düşünsün, onu əsas bizə, onu biz götürürük. Təlim, yəni bu uşaqlıqdan hər insanın haqqı necə ona sahib olacaqdır, onu öyrətməkdir. Onu öyrətməkdir. Hangi məmləkətdə yaşırsınız? Mən Suəddə yaşıram.
Sueddə təlim sistemi nədir? Elə Sueddə təlim sistemi elə buydu. Mən birinci dəfə mədrəsəyə getdim burada. Mən yekə dəvə Mədrəsə sistemi var orada. var bə. Hangi ildən başlayır? Uşağın neçə yaşından başlayır? Var bə. Qalıb sən yaşayan. Hər hansı yaşdasan o səviyyədə. Yox, uşaq neçə yaşından gedir? Ha? Uşaq neçə aylığından gedir o sistemə? 4 aylığından başlayır gedir zaten. 4 aylığından uşaq Gedir. eləyə bilir, getsin sistemə, baxacaqsın. ta 4 kürüyacan orada oxur. 6 ay. 90 da 6. 6 6 aylık ay. O da mən geçsin. deyəm nə dinə 4 aylığı. 6 aylıqdan getsin, Gedir. ta məsələn Uşaq bağçasına. kürüyacan, 4 kürüyacan, 4 kürüyacan mərhələ gedir. Hətta İndi yəni bir sistem var, yəni mədrəsə sistemi var, müəllimi var, kitabı var. mədrəsə sistemi çox sadədir bəyəm. Onlar ki deyirsiniz, siz də bilirsiniz, mən də bilirəm. Sizin partinin təlim sistemi var ya yox? Bizdə dəqiqən bu məsələni deyirik də. Biz təlim sistemi sabahlayıb ölkəmizdə yaratacaq ya yox. Yox, sizin partinin Bizim təlim özümüzün, sistemi var yox? mən öz partimizin üstündə deyirəm ki, qardaş, biz bu insanlar ki bizə üyə olur, bunlar 18-dən yaşdan aşağı olmayacaq ki, 18-dən yuxarı olarlar bizim partiyə. Tamam. Yetişkin insanlar olacaqlar. Bu yetişkin insanlar üçün, məsələn, İrandadır, eləyə bilmir nədir? İnternetdə oturacaq yazar, liberal demokrasi dərsləri Təlim sistemimiz yoxdur. Təlim sistemimiz yoxdur. Bir dənə azad bir şey. Hər kəsən getsin, məsələn, Wikipedia ki, bəlli dəyər. Wikipedia deyil bu. Xeyr, Wikipedia deyil. Türkiyəmizdə azadlıq, demokratik partiyalar azadlığı var. Türkiyəmizdə. O partiyalar klasları var. Davamlı klasları var. Tamam. O klaslara şirkət eləməyin bilələrin hidayət edir, orada gedəl o klaslarda şirkət. Tamam, sizin pəs yoxsuzdur da. Sizin özünüzün kilasınız. Fərq eləmir ki. Bəs siz bunu bilmirsiniz, qoy bəs mən Sizin icazə deyim. Baxın, mən sizin Güney Azərbaycan, icazə buyurun sizdən bir sual soruşum. Deyim. Güney Azərbaycan Liberal Demokrat Partisi Türkiye Liberal Demokrat Partisi'nin bir parçası mıdır? Yoksa fərqlidir? O onun Güney Azərbaycan'ındır, bu da Türkiye'nindir. Baxın, bəs mən sizə deyim. Liberalizm bir dənə dünya fəlsəfəsidir. Bunu bilin. O zaman ki biz deyik, mən liberalizmin fəlsəfəsini götürmüşəm. Bir dənə dünya görüşün fəlsəfəsini götürmüşəm. Bir dənə Güney Azərbaycan görüşü deyil. Bir dənə dünya görüşü olanda o ölkələr ki, dünya görüşü rabitəsində, liberalizmin rabitəsində hər nə qoysalar Güney Azərbaycana da şamil. Tamam. Bildiniz? Bu ideolojinin əsası, biz bu ideolojinin təlimini veririk. Tamam, tamam. Sizin təşkilatın yazılı ideolojisi var mı? Sizin təşkilatın Güney liberalizmdən danışmırıq. Amerikanın üçün Türkiye'nin için danışmırıq. Ben Güney Azərbaycan Liberal Demokrat Partisi'nin mədrəsəsi var. Bunu soruşuram. 2. Güney Azərbaycan Liberal Demokrati Partiyasının yazılı ideolojisi var mı? Ben de size dedim ki Güney Azərbaycanın bütün dünyada olan liberal mədrəsələr, liberal zaten hamısı Güney Azərbaycanında da Liberal Azərbaycan, Liberal Demokrat Partiyasının, Azərbaycan Partiyasının özünə ideolojisi var. Yazılı partiniz var, ideolojiniz var. Var. Tamam. Hardadır? İcazənlə onun bir nümunəsini mən dedim qoydu. 2017'də Facebook'ta qalır elə hər kəs istəsə orada görər. Geçmiş 100 ildən başlamışıq, gələcək 100 ilə getmişik. Gələcək 100 ilimiz necə olacaqdır? Və birinci partiya aydıq ki, geçmiş 100 ilimizi əl aldıq. Geçmiş 100 ilimizi əl aldığımız zaman... Tarih yazmışıq, yoxsa ideoloji? İdeoloji yazmışıq. Tarih, fəlsəfə siyasımızı qoymuşuq. Fəlsəfə siyasımızı qoymuşuq. Təşkilatınızın mali olaraq necə təmin edirsiniz? Biz ola bilirsiniz, biz nə dedik? Heç zat deməyəcək təşkilatımızın işlərini. İndi malisi sıfırdır, heç suya təmin eləmirik. Tamam. Tamam. Sizin özünüz, özünüzü, yəni Haşim bəyi siz Azərbaycan parti və təşkilatlarının birinin lideri bilirsiniz, yoxsa özünüzü Güney Azərbaycan lideri kimi görürsünüz? Biz Güney Azərbaycan Liberal Demokrat Partiyasının zatıyıq. Sözsüz yox. Liderik sən deyirsən. Bəlkə olar ki bizim düşüncədə götürürlər bu düşüncəsi. İstəmək olanda zat olur. Liderlik nə deməkdir? Liderlik indi qalıb deyir ki hansı sistemdə baxaq. Biz
Hətta liderlik sisteminə də inanır. Təşkilatda, yəni hizblərin gəl liderləri olar. Nədir? Sən sabahlar partiyalarımızın hamısı sabahdan deyəm, amma bugündən yox. Partiyalarımızın hamısının rəhbərləri olacaqdır. Çünki partiya rəhbərsiz, yəni nə mənə? O ki, üstün şəxsidir bunların içində, düşüncədə, bilgidə, təcrübədə. O təşkilat hamısı da bunu qəbul edir. Təşkilat da bunu qəbul edir bu şəxs. Gəlirlər, özlərinə rəhbər seçirlər. Hamı təşkilatlar bu cürdür. Bütün Avropada təşkilatların hamısının başqanı var, başqan deyirlər. Onu bildir. Mənim sözüm budur. Burada Rəhbərlik sözündən ya düşüncəsindən, sizin düşüncəniz bu kəlmədə nədir? bizim düşüncəmizdə budur. Rəhbərlik ki, hüququn üstünlüğü rəhbərin üstündə olmasa, düşüncədə, hüququn üstünlüğü dövlətin babası, dövlətin üstün hüquq, dövlətin üstündə oturur. Elə bilər rəis cümhurun yaxasından yapışır. Elə bilər rəis hizbin yaxasından yapışır. Rəis hizb mənəm. Mən xilaf eləsəm hüquq gəlib mənim yox, baxın, liderlik yəni nə mənə? Biz rəhbərlik sisteminə dedim, baxırıq, bu cür baxırıq ki, baxın, tərif edin, özünüzün üçün deməyin ki, mənə deyin ki, liderlik yəni nə? Bu kəlmə gələndə zehninizə, necə debatin üstündə deyirsiniz, debat, onu istəyirsiniz, tanıtdırasınız. Mənə deyin ki, liderlik yəni nə mənə? Baxın, lider o insandır ki, o yaş baxımından, təcrübə baxımından qadirdir bir təşkilatın kamilən ideoloji baxımından çıxar səhnəyə, səhnədə bütün təşkilatı təmsil eləyə bilər. Tamam, bitirdik. Bunu seçimlər hamısında uzatmağa ehtiyac yox. Mənə bunu denə qutarım da. Mənə bu qıcıqqılı tərif edin qutarsın. Tamam. Sizin önərdiyiniz bir bayraq dediniz var. Bayraq parti bayrağıdır, yoxsa Güney Azərbaycan siyasi bayrağıdır? Baxın, bizim öz loqomuz vardı, müstəqil loqomuz var və parti olaraq biz bayrağa inanmırıq. Bizim loqomuz bizim bayrağımızdır həqiqətən. Bizi göstərən zatdır. Amma bizim bu bayrağı içində burada görürsünüz. Biz bunu seçimə qoymanıq. Bu seçimə getməz. Bu Güney Azərbaycanın milli bayrağıdır. Bütün Azərbaycanın da milli bayrağıdır. Bütün Azərbaycan. Ona görə və bunu o zamanki Məhəmməd Əminzadə 1918-də səbtə yetirib, dövlət olaraq, bayraq olaraq səbtə yetirib Azərbaycan Xalq Demokratik Cümhuriyyəti. Azərbaycanın şimali deməyibdi və mən də Azərbaycanım. Bu mənim bayrağımdır, mübarizə bayrağımdır. Bununla bugün mübarizə edən bu Azərbaycan dövlətinin bayrağıdır. Bu müstəqil Azərbaycan dövlətinin bayrağıdır. Bu mənim evimdə mənim bayrağımdır. Azərbaycan müstəqil Şimali Azərbaycanın bayrağı Şimali Azərbaycanda dünyada başı uca gedir qabağa. Bu bizim mübarizə bayrağımızdır. Bunun üçün biz çoxlu şəhidlər verəcəyik. Tamam. Güney Azərbaycanlılara və türklərə, siz və sizə və siyasətə maraqlı olanlara sizin təşkilatların amacların, istəklərin, planların və oxuyub tanıması üçün hangi kanallar və yollar açmışsınız? Biz Azərbaycanlılar istəyirlər sizi tanıyırlar, düşüncələrinizi hardan sizə əl tapıb danışa bilərlər? Sizin yazılarınız, mədrəsə, bizim təşkilatın başqa zatlarla heç kəs yaxınlıq eləyəməz. Heç kəs. Hər kəs istəsə məndən zad eləyəcək, məndən eləyir. Hər kəs. Fərq eləməz. Hər kəs. Çünki biz heç bir insanımızı bilirsiniz nədən? Qoy bir söz dediyim, ondan sonra deyim. Çünki biz geçmişdə başımıza gəldi. Bizim üyələrimizdən elə oldu ki, İranın içində gəldi mənə dedi, Haşim, mən bu partiyanın zadı oldum. İçəridə mənim xala qızımı, filan kəsimi apardılar. Mən çox yedim. Eynəm bu cür dedi. Dedi, mən qələt eləmişəm. Mən geyirəm Məsih olam. Nənəmi apardılar. Mən geyirəm Məsih olam. Mən daha əslən sənin adını da unutacağım. O bizə böyük dərs oldu. O gündən pərvəndəni bağladıq. Bir dəfə yıxdıq, qoyduq cübümüzdə. Tamam. İndi insanlar sizin yazılarınızı, oxumada şeylərinizi, kitablarınızı, zadınızı harda oxuya bilərlər? Harda sizinlə tanış ola bilərlər? Mən o qədər ki, başarıram, gücüm var, yolluram.
Və dostlar da bir şey mən biləsi yollurlar. Mən biləsi yollurlar. Mənim xəbərim yox heç bir zatdan. Amma mən o yerdən ki başlayıram yazdığım məqalələrin hamısını, danışdığım zatların hamısını davamlı da yazıram, davamlı da qoyuram. İndi də siz baxsaz mənim elə Instagram səhifəmdə azı bir şəhət bir 1000 dənəyə yaxın da məqalə görəsiz yazılıbdır. İndi necə, hangi yolla, hangi vasitə ilə siz Güney Azərbaycanlılarla əlaqə bağlırsınız? Xalamla. Nə deyəcəm? Mən burada gələcəyimdən filan gəlsinlər. Güney Azərbaycanla rabitə bağlıram. Nə deyəcəm? Mən deyəm gizli təşkilat. Çoxluq eləməyək, çoxluq eləməyək. Ciddi danışıq. Nə palazından işimiz var, nə də əmməclə. Bizim işimiz sizin Güney Azərbaycanlılarla nə cür əlaqə bağlırsınız, nə cür rabitədə olursunuz? Tamam. Bunu deyəcəksən. Xalazın adadığında işimiz yox. Sizin təşkilatınız özün haranın, kimlərin və hangi coğrafiyanın siyasi təşkilatı bilir? Bir də lütfən. Sizin təşkilatınız özün haranın, kimlərin və hangi coğrafiyanın siyasi təşkilatı bilir? Hansı coğrafiyanın Güney Azərbaycan torpaqları mənsubudur? Mən durumda sizdən soruşuram ki, siz haranın özünüzü bilirsiniz. Siz özünüzü tərif eləyəndə partini... Bütün Güney Azərbaycan torpaqlarını o zamandan ki Quldur Qıza tac qoyub başına, o gündən bütün Güney Azərbaycanın yəni Nasirəddin Şahı terror eləyəndən zamandan beləyə bütün bizim torpaqlarımız oradan başladı. O zamandan ki bunlar başladı, birinci ustanı yaratdılar, ondan başladı. Çün ustan dövlətin sistemidir. Onları soruşmuram. Onları sonra bəhs edəcəyik. Mənim suallarıma bir dana soruşum, cavab verin. Sizin təşkilat özün haranın təşkilatı, siyasi təşkilatı bilir? Haranın? Güney Azərbaycan. Kimlərin? Güney Azərbaycan xalqının. Kimlər olur? Güney Azərbaycan xalqı, insanları, hər nə qədər, hər kimlər olacaq olsun, hər kəs ki desə, mən Azərbaycanlıyam, biz onun təşkilatıyıq. Tamam, qutuldu. Sizin üçün bu üç danadan hangisi önemlidir? İranlılar, İrandakı Türklər, Azərbaycanlılar. Bunlardan bu üç danadan hangisi sizə ən önəmli ya stratejikdir? Siyasətinizin mərkəzindədir. Biz Azərbaycanlı tanıyıq. İran türkləri də tanımırıq. İranda olar ki, çıxıb İran türkləri filan, bunların heç birini biz tanımırıq. İranlılar da faslardır, xalis. Tamam. İranlılar da faslardılar. Sizin ən önəmli siyasi stratejiniz ya ən üstün amacınız nədir? Bizim ən üstün amacımız Turan dövlətlərini yaratmaqdır. Tamam. Birinci Azərbaycandan deyir. Çox sağ olun. Birinci bəhsi qutardıq. Keçirik ikinci bəhsə. Nədir? Dövlətlər, düşmən, dost, rəqib. Tamam? Tamam. Dövlətlər ilə sizin partinin soruşuram. Dövlətlər ilə sizin təşkilatın ilgisi hangi üsul üzərinə qurgulanır? Biz dövlətlərlə heç türə üsul üzrə elə bilmək, irtibat qoyaq. Yəni, nədən? Çünki dövlətlərin düşmənləri olmaz, dostları da olmaz. Dövlətlərin mənfəətləri olar. Biz dövlətlərin, heç bir dövlətin mənfəəti bizim marağımızı təmin eləmir. Heç bir dövlətin. Tamam. Dünya üzərində olan dövlətlərə necə baxırsınız? Dünya üzərində olan dövlətlər, modern dövlətlər var, iki cürə dövlətlər var, hamısında dünyada. Bir modern dövlətlər var, bir də obsi dövlətdəki üstdən aşağı gəlir. Aşağıdan yuxarı, üstdən aşağı. Bu iki bölümüdür. Dünya bu iki bölümünə bölünübdür. İndi bu olar ki, üstdən aşağı gəldi, olar iki modeldirlər. 2-3 modeldir. Biri var, İran modeli diktatorluq gedir. Biri var, Türkiyə modeli demokrasi əsasında gedir. Biri də var, demokratikdir. Amma demokrasi və demokratik olmaq dəlil bəbi deyil ki, bir dövlət azad dövlətdir. Bir dövlət o zaman azad dövlətdir ki, fəlsəfi siyasinin azadlıq əsasları dövlətin əsası olar. Heç bir insan orada məhrum olmayan, zindani siyasi olmayan, tamamen zindani siyasi olmayan. Baxın, Avrupa, Amerika, Kanada, bunların hamısında heç bir zindani siyasidən xəbər getməz. Ona görə biz buna əsas tuturuq
və bu düşüncədə də baxırıq. Dövlətlərlə ola biləcək ilginiz necə tərif edirsiniz? Biz o dövlətlər ki, maraqları ola bizi yaxınlıq eləyər, o da o zaman olacaq ki, bizim gücümüzü görələr, Güney Azərbaycanın gücünü görələr. O dövlətlər mənfəətlər, müşəxəs öz mənfəətlərini axtarırlar. Modern ölkələr nə axtarırlar? Bunu axtarırlar ki, bir ölkə yarana, içində demokrasi ola, sülh ola, aramış ola, rifah ola ki, olanın çox alış-veriş eləyə bilərlər. Biz olan hamısını özümüzə dost bilirik, amma heç birinə də ağ çək vermənik, heç birini də qoymanıq bizim iç məsələmizin bir dənə kiçik nöqtəsinə qatışalım. Tamam. Yəni, tamam, anladım. Əcəba sizin təşkilat bir dövlətə bağlıdır? Yox. Təşkilatların hangi bir xarici dövlətə bağlı olmasına necə baxırsınız? Biz onlar ki, o təşkilatlar ki, xarici dövlətlərə bağlı olurlar. Onlar bunu baxır ki, bunlar öz xalqlarına inanmırlar, öz xalqlarından qorxurlar. Eləyə bilmirlər, onları mütəşəkkil eləyərlər, eləyə bilmirlər, onların içində fəaliyyət apararlar. O, bu cür baxır. Yəni, öz xalqını ikinci əl hesab edir. Ona görə özünə eşitə güc axtarır. Gedir, o özdə, bu yüzdə mübahisə elə filan elə ki, özün görsə də fəqət. O özün görsərsən, məsələn, xalqın səni bax ki, o cür gör, sənin özünün üstündə görsə səni qəbul edəməz ki. Təşkilatların hər türlü, həm təşkilatlar, həm də fəaliyyət eləyənlər, içəridə, eşitə, insanlar var, tək başına çalışırlar. İndi bunu təşkilatların və hər türlü fəaliyyət edənlərin xarici ölkələrdən mali yardım almalarına necə yaxınlaşırsınız? Məncə bu çox da yaxşı bir şeydir. Əvvələn, baxıq görürük, məsələn, onlar ki, sıxırlar gəlirlər Amerikaya, ya Avropaya, ya Kanadaya, bunlara burada burs da verirlər. Ən gözəl zat budur ki, bunlar gəlib burada, orada bu pul imkanları yoxdur. Gələrlər buradan da özlərini çəkərlər yuxarı, yetişdirərlər. O borcu ki, alıblar bu dövlətdən, onun borcunu qaytarırlar. Qaytarəndən sonra azad olub, zamanı yetişdi qaydəli öz ölkələrinə. Və bu cürdür də. İdeolojik olaraq sizin təşkilat ya hangi dövlətin ideolojisinə yaxın görürsünüz özünüzü? Biz Amerika Birləşmiş Dövlətlərini, İngilistanı və Alman dövlətini. Hollanda deyirlər. Bütün Hollanda, İngilistan bunların hamısını özümüzə yoxun görürük. Və bunu da deyim biləyizə, bunların içində də azadlıq dərəcə-dərəcədir. Məsələn, fərz edək, Sueddə bugün sən indi istəyirsən məşğul olasan, gəlib ki, alanmasan, hər yer bağlayıbdır, qutulub yəni. Tükan, bir dənə sistem bulaqıç var, o satır. Restoranlar, zatlar var, məşğul verirlər, amma ocu satmazlar. Amma sən, yəni bu görsəldir ki, burada bir azadlığın bir pillə dərəcəsi əşyaqdadır. Yəni, özgür ticarəti yoxdur ki, məsələn, normal çıxasan gəlsən, 200 qutan məşğubiyyini alasan gələsən. Niyə? Məsələn, amma Türkiyəsində bugün o var. Məsələn, bunu dedim, ona görə azadlıq hər ölkədə dərəcəsi fərqlidir. BC-nin dərəcəsi yuxarı səviyyədədir. Amerika kimi, İngiliz kimi. Hukuki və qanun olaraq. Hətta mən də elə onu deyirəm da. Sual soruşuram. Hukuki olaraq hangi dövlətə yaxınsınız ya hangi dövləti hukuki olaraq partizə ülgü götürürsünüz? Qanunda. Biz heç bir dövləti uluğu götürmürük. Güney Azərbaycan Liberal Demokrat Partiyası fəqət dövlətdən dərin təcrübələrini istəyir, alıblar, hamısından istifadə edirik və bizim qədər güclü insanlarımız var Avropada, Amerikada, Kanadada ki, bunlar hətta vəzir olublar. Məsələn, Sueddə bir dənə 26 yaşında xanım vəzir olub. Vəzir mühit istidir, həm o zat ki, bizim bugün məsələmizdir. Tamam. Biz bu insanlar hamısı bizim insanlarımızdır. Bilirsiniz? Məsələ budadır. Biz bunu niyə ki özümüzü başa düşürük? Mənim sorumu deyil. Mənim sorum budur ki, qanunlar olaraq hər məmləkəti bir qanun üzrə idarə edirlər. Sizin partiya hangi dövlətin hukuki sistemin özünə ülgü alır? Biz üçün müsəlman bir ölkəsiyik. Bunun hüququ, bunun azadlıq məsələsi nisbət xalqımızın zehniyyətinə görə, amma heç bir pedala oturmayacaq.
o modern dövlət sisteminin sütunlarından, insan haqlarının tamamən dibinəcən icra olunur. Hər maddəsi icra olunur Hangi ölkəmizdə. dövlətə yaxınsız hukuki olarak, kanun olarak? Hüquqi olaraq deyə bilirik elə Hollandaya yaxınıq, İngilistana, Hollandaya yaxınıq, Almana da yaxınlığımız var. Sizin təşkilat Türkiye-Azerbaycan toplumun idare etmek amacla bir hukuk sistemi tarif etmiş mi? Əlbəttə, əlbəttə. Əsas hüquq sistemidir ki, dövlətin üstünü tutur. Yok, siz tarif eləmişsiniz. Yani hazırdır. Sizde bir yazı var. Mən zaten hər həftə danışıqlarında davamlı, yəni indiyəcənki danışıqlar yaparım, davamlı dövlət sistemini açıqlayırıq. Hər o hüquq sistemi necə biz yaradacağıq, onu açıqlayıram. Hər daim açıqlayıram. Yok. Şimdi o bir tane hukuk sistemi varızdı ya yok. Var. Tamam. Var. Hardadır? İndi elə hamını istəsəz elə bilərsin, mənim o yazıma gəndə müraciət edirlər dostlar Facebookda dedim vardı. Yani o felsefe, o dediğiniz ideoloji dediğiniz hukuk sistemi değil ki. O bir hukuk sistemi bir başkadır, ideoloji bir başkadır. Baxın, bəs mən sizə bir şey deyim. Biz o zaman ki gəlirik, biz bu ideolojini qəbul edirik. Biz klasik demokrasidən söhbət edirik. Klasik demokrasi demək, yəni mühafizəkar liberallar biz. Muhafizakar liberallar nədir? O hüquq ki canlaç qoyubdur, yaraldıbdır. Biz o sistemə inanırıq. Ki dövləti ki biz yaraldıq, o hüquq ki biz yaraldacaq dövlətimizdə, dövlətimizin üyeləri heç biri haqqı olmayacaqdır. Bir insanın zindəqanlığına qatışan. Haqqı olmayacaq. Orasına getmiyor. Hukuku tarif eləmək bir şeydir. Can Lakin tərifini qəbul edirsiniz hukukda. Əlbəttə, hüquq odur. Hüquq var icazəsindən Adam Smith də insan iqtisadi bölümünün qoyub. Məsələn deyəm, dünya hər kəs bilir də modern. Əslən bütün dövlətlər dünyada indi onun sistemini əl atırlar. Baxın, mən Güney Azərbaycan Liberal Demokrat Partisinin hukuk sistemi var mı? Var. Dedim bak. Yazılıdır mı? Var. Yazılıdır. Okumaq imkanı var mı? Var. Mənə göndərə bilər misiniz? Tamam, teşekkür ederim. İdare sistemi. Üzüsü. Sizin təşkilat Türkiye-Azerbaycan toplumu tamam, onu üst onu soruşmuşam. İdare sistemi olarak hangi dövlətin idare sisteminə yaxınsınız? En yakın bize burada Hollanda'dır. Tamam. En yakın Hollanda'dır bize. Çünkü orada bürokrasi hakikaten çok azdır. Tamam. Hangi dövlətlere ya milletlere yakın olmağı düşünürsünüz? Biz bütün milletlere, xalqların hamısına yakın bilirik özümüzü. Onlardan da ayı bilmirik özümüzü. Dövlətlər fərqlidir, xalqlar fərqlidir. Biz mesela modern ölkələrdən danışanda dövlətlər ki deyirik, bu dövlətlər hamısı öz xalqlarından qorxarlar. Alman dövləti öz xalqından qorxar. Amerika dövləti öz xalqından qorxar. Nədən? Çünki canlaç bunu qoyub. Hər zaman bu dövlət sənə sözüyən baxmadı, əsləhənin evindən get o dövləti yıx. Qutuldu. Tamam. Hangi dövlətləri düşmən tanırsınız? Bütün o dövlətlər ki, içində rəhbərlik sistemi üstdən aşağı gəlir. Bütün o dövlətlər, bütün xalqların düşmənləridirlər. Yok, sizin parti düşmən tanır onları. Bizə düşmən yoxdur. Biz hər kəs dostumuzdur. Yox, amma dövlətlərlə bizim dövlətlərlə diplomasi rabitəmiz olar. Hər xalq özü yaxşı bilər ki, necə dövləti dəyişdirər. Mənim sözümə diqqət elədiniz. Hangi dövlətləri düşmən tanırsınız? Biz İran dövlətindən sonra heç bir düşmənimiz Tamam. yoxdur. Bir də Rus dövləti. Bir də kim? Rusdur. Düşmən bilirik özümüzə. Rus dövləti, Erməni dövləti. Bugün bu vəziyyətdə bunları biz düşmən bilirik özümüzə. Tamam. Ondan sonra hər hansı dövlət ki bizim o Azərbaycanımızı, Türk dünyamızın üstündə zəd eləyə, onları özümüzə düşmən bilirik. Niyə? Onları baskıya çalar. Yox, Onları istəyir torpaqlarından. Tamam. Onların istəyir torpaqlarından zəd. Məsələn, bugün Əraqda, Suriyedə kütlə teröristləri hazırlayırlar. Ya Türkiyə torpağı, ya Güney Azərbaycan torpağı. Fərq eləmir bizə.
Bizim Türk torpaqlarımızın heç bir vəcəbi bir qanunun əlinə keçməməlidir. Dəqiq Doğru. eləməz. Hangi millətləri və dövlətləri rəqib tanırsınız? Öz dövlət quracaqsınız, müstəqil Azərbaycan, Güney Azərbaycan dövləti. O dövlətə hangi dövlətləri rəqib tanırsınız? Bu cür ki, əvvələn bunu deyəcək, bunu biləcək. Dövlət səviyyəsində baxanda heç dövlət bizim dövlətimizdən rəqib olmayacaq. Çünki dövlətimiz müsabiqə verməyəcək. Hər dövlət istəsə bizim xalqımızla rəqabət edəcəkdir. Amerika Birləşmiş Dövlətində bugün hər kəs istəyir rəqabət edir Amerika ilə, Amerikanın xalqı ilə əslində rəqabət edir, Amerikanın dövlətindən yox. Çünki odur xalqıdır ticarət edir, odur tolid edir, odur satır var yoxunu, öz tolidini dünyaya satır. Bizim xalqımız onda belə soruşum, hangi millətlərlə rəqabət edəcəksiniz? O düzdür. Biz millətlərin hamısına rəqabət edək. Çünki rəqabətdir ictimai dünyanın aparı qabağa. Heç bir milləti, hər millət öz torpağında yaşayır, öz evində yaşayır. İndi burada bir sual çıxır ortadan. Sual çıxır ortadan, o da budur. Siz bir dövlətin səddindən keçə bilməsəz, millətlə əlaqə qura bilməzsiniz. Nə cür eləyəcəksiniz, bunu həll eləyəcəksiniz? Hansı dövlətindən? Bu İran dövlətinin səddindən. Rəqib dövlətlərlə. Siz bir dövlət qurmuşsunuz, Azərbaycan Cumhuriyyətini qurmuşsunuz. İndi istəyirsiniz ki, Amerika milləti ilə əlaqəyə keçəsiniz. Amma Amerika dövlətinin səddindən gərək keçə bilərsiniz bunlarla. Baxın, o sistemi ki, biz ölkəmizdə yaraldırıq, dəqiqən Amerikanın xalqının, dövlətinin, Amerikanın, İngilisin, Avropanın, bütün modern ölkələrin istədiyi sistemdir. Bu sistemdə azad ticarət, sərbəst piyasa var. Onlarda da var. Avropa dövlətində. Yəni çox sadə biz bir dənə dövlətimiz oturub bir dənə qaradat, dostluq qaradadla dövlət vəzifəsi budur ki, öz insanının orada canını mühafizə ola. Mən də onu deyirəm. Siz indi dövlətlərlə rəqabət edəcəksiniz, yoxsa millətlərlə? Dövlətlərlə rəqabət yox modern ölkələrin. Nədir deyəcəksiniz? Siz Almanda gedəndə elə duracaqsınız. Məsələn, Güney Azərbaycandan təyyarəyə minəsiniz, gedəsiniz elə orada dövlətsiz məsələn bir iş görərsiniz. Silah ala bilərsiniz Almanda. Hər kəs sizə silah verə bilər. Bir seri rabitələr vardır diplomasi rabitəsində. Olan hamısı yerində qalır. Ticarət rabitəsinə düşəndə xalqımız birbaşa müstəqim özü ticarət edəcəkdir. Müstəqim özü ticarət edəcəkdir. Mən niyə düşündürə bilmirəm suallarımı? Mənim suallarımı başa salamıram ehtimalən. Mənim türkçəm xərabdır. Mənim türkçəm ehtimalən xərabdır. Yox, ona rəbti yoxdur. O siyasi anlayışa rəbti var. Tamam. Rəqib dövlətlər ya millətlər qarşı. Əslən, rəqib dövlətlər, millətlər tanırsınız və yox. Baxın, bəs burada bu cür açıqlayaq da. Bir sıra ölkələr var. Dövlət istəyir. Məsələn, İran dövləti. İndi istəyir Alman dövlətindən alış-veriş edir. Düzdür? İran dövləti, Alman dövlətinin bir fabriki yoxdur alış-veriş edir. Məcburdur ki, Alman dövlətindən vasitəsi ilə o tacirlərə irtibat. Yəni, Alman dövləti ilə görüşməsə, Fransa dövləti də belə, Alman dövləti ilə görüşməsə, Amerika dövləti ilə görüşməsə, gedib alver eləyə bilərmi? Eləyə bilər. Niyə? Çünki o şirkətlər ki, Amerikada silah satırlar, qaradatları var dövlətindən. Əgər istəyir bir silahı bir ölkəyə sata, dövlətin siyasətinə tabi olacaq. Bəs siz məcbursunuz ki, dövlətlərlə rəqabət edəsiniz. Yox, dövlət bizim necə dövlətlə rəqabət edir? Dövlətlərlə dostluq, o dövləti siz istəyəsiniz, hər nə iş görəsiniz, gərəkəcək o dövlət ilə təvafuq edəcəksiniz, sizə icazə verəcəksiniz, orada millət ilə də ticarət edəsiniz və işinizi görəsiniz. Bir yerdə ki, sənin sistemində azad ticarət, sərbəst piyasa var. O zaman ki, sənin rəis cumhurun getdi, Amerikanın rəis cumhurun otdu. İndi mən dururam, gedəm Amerikadan, Kanadadan istəyirəm, gedəm Amerikadan əsliha alam. Mənə verərlər. Yox, sənə verməzlər. İndi bəs oldu dövlətlə gərək elə mən dövlət. O şirkətlər ki, Kanadada əsliha alış-verişi edirlər, onlar dövlətin xəbəri var, bunlar müstəqim alış-verişlərin edirlər. Mən əslən Kanadada mən gedib əsləhə ala bilmərəm. Sən alanmasan? Dövlət nə deyir? Deyir ki, sən əsləhə alanmasın. Əsləhə almaq üçün mən bir standartlar qoymuşam, onu getirdəcəksən. Vətəndaşla Kanadada.
Kanadada vətəndaşam. Amma mənə deyir ki, sən bu standartları gərək müraat eləyəsən, ondan sonra gedəsən dövrələrini görəsən, ondan sonra gələn mən görəm evində imkanın vardır ki, gəlib bunu aparıb yelə, uşaq götürməyə, böyük götürməyə, ondan sonra sənə icazə verirəm bir dənə əsliha alasın. Yaxşı. Onun da qav səndığı olacaqdır ki, ziddi bomb ola. Yaxşı. Amma mən tamam, indi bir də Kanadanın içində vətəndaş eləyə bilmir, dövlətin çərçivəsindən çıxıb müamilə eləsin. Yaxşı. Sən indi istəyirsən ki, Güney Azərbaycandan gələsən Amerikadan məsələn 2 Yaxşı, dənə F-16. Bir dəqiqə. İstəyirəm 2 dənə F-16 alam. Türkiyə neçə aydır çalışır, neçə ildir çalışır ki, o F-16 alsın, vermirlər. Siz burada nə cür deyirsiniz ki, dövlət yox. Bilirsən ya, bir dəqiqə dayan axı. Bir dəqiqə dayan. Dayanın. Buyurun. Məsələ budadır, siz necə qaçışdırırsınız məsələni beyninizdə. O da özünüzə icazə vermir ki, doğru düzgün cavab alasınız. Türkiyə dövləti əgər istəyə silah ala, kim alır? Türkiyənin dövləti alır. Türkiyənin tüccarı almır silahı. Türkiyənin dövləti alır. Amma Kanada dövləti istəyə silah ala bilməz ki. Kanadanın dövlətinin silah almaq gücü yoxdur. Niyə yox? Xalq dövləti Təyyarələri alır, bombaları bu alır, hər şeyi Kanada dövləti alır. Necə ki? Bir dəqiqə icazə ver. Şirkətlər alırlar, gətirirlər qoyurlar ora. Böyük şirkətlər var özünün eynən Amerika kimi dövlətinin. Əgər olsa, əgər siz deyən kimi olsa, onda Amerikanın, Kanadanın hansı vizarətxanasında trilyardla pul əlindədir? Hə? Pul qoymazlar vəzirlərinə düşər. Modern dövlətlərin ölkələrində pul dövlətdə olmaz, haqqı yoxdur. Dövlətə o qədər büdcə verirlər ki. Korona gələndə bir dəqiqə. Korona xas. Korona gələndə bir dəqiqə. O savaş zamanı. Korona gələndə Kanada dövləti elan elədi. Heç kəs işə getməsin. Savaş zamanıdır bə. Bir dəqiqə. Dedi ki, hər kəs getməsə işə ayda $2000 verəcəm. Hər kəs getmədi işə ayda $2000 aldı. Və bu Kanada dövləti var idi verdi. Kanada dövləti normal savaş olmasa, haqqı yoxdur Bankı Mərkəzinin pulunu əldə edir. O pulu ki yığıblar, pəsəndəz ediblər gələcəklərinə, o xalqın puludur da. Dövlətin haqqı yoxdur. O pulun bir qramına əl vurar. Normal. İndi haqqı var? Yoxdur. İndi haqqı yoxdur. İndi istəsə də verə bilməz. Hakimiyyət, siyasinin haqqı yoxdur o pula. Rəqib dövlətlərə qarşı necə bir siyasətlər və stratejilər düşünürsünüz? Amma siz bunun cavabını qoymadınız mən verəm. Amma sözü qatdınız. Yox, mən axı deyirəm. Siz Türkiyəni mətrəh elədiniz. Yox, mən Türkiyəni mətrəh eləmədim. Dediniz, əgər Türkiyə istəsə əslihala vermirlər. F-16. Onu dedim. Mən bunu istədim fəqət deyəm. Çünki Türkiyə dövləti insan haqlarının üstün hüquq götürmür özünə. Orada garanti yoxdur. O hökuməti ki hakimdir, o uçaqları çalacaq, harda işlədəcək. Amma insan haqlarının üstün tutsa, bütün o haqları icra eləsə, Türkiyə dövləti o evləri də alar. Amma bu zadı da var ki, gedib xiyabanlara küçəliyə bomb salmayacaq. Siz bunu düşünün. İsrail qarşı. İcazə buyurun, geçək. Rəqib dövlətlərə qarşı necə bir siyasətlər və stratejilər düşünürsünüz? Siz rəqib dövlət qəbul eləmədiniz, rəqib millətlərə qarşı. Biz millətlərin hamısından özgür ticarət eləyək, azadlıq, ədalət üstündə ticarətimizi yaradaq, qardaşlıq, rifah, dostluğumuzu yaradaq. Biz də qazanaq, onlar da qazansın. Bu da hək olar bizim düşmənimizdir. Heç bir millətdə özümüzü düşmən görmür. Siz rəqabəti... Sizin alverdə, və sən deyək ticari alver deyirəm, heç o birisi alverlərə deyirəm. Alverdə siz çox mənfəət qazanmaq istəyirsiniz, ya mənfəət qazanmamaq istəmirsiniz? Elə istəmin də bunu deyəm. Baxın mən, məsələ budadır. Rəqabət modern ölkələrin qabağında. Əgər biz bir modern ölkə olsaq da, biz tüm modern dövlətdə deyirik da, bu cür eləyəcək, düzdür. Baxın, məsələn, Almanla Kanada. Alman benzin çıxaldıq. Kanada eləyə bilmir bir dənə maşın fabriki qoyub, eləyə bilər. Amma niyə yaratmır? Çünki bilir, benzin qarşısında eləyəməz bir maşın çıxaldıq. Yerinə gəlinəm nəyə gücün qoyur? Gülə. Gülə gücün qoyur. Dünyaya gül satır. Hamon Alman gül alır.
bundan. Yəni rəqibdirlər bir-birindən də. O onun maaşını alır, o da bunun gülünü alır. Burada nə mədə olur? Paya kazanırlar. İkisi beraber kazanır. İki halkı kazanır burada. Bu o işi ki elinden gelir, o da o izadı satı ki elinden gelir. Dəqiqən biz də Güney Azərbaycan olaraq gələcəkdən o dövləti ki istəyik yaradaq modern dövlət sistemində belə olacaq. Hər o ölkələrlə ki rəqabətə istəyik, siz rəqabət biz o cür baxmırıq. O ölkələrlə ki alış-veriş edəcək. Məsələn, umumuzda üzüm çıxır. Umumuzda biz şərab çıxardacaq dünyaya verək. Fərzən. O ölkələr ki şərab çıxarda bilmirlər, onlara şərab satacaq, onun müqabilində. O zadı ki bizim kişavəzimizə zərbə vurma, bizim tuvaletimizə zərbə vurma, onu gətirəcək. Azad bazardan çıxdı deşiyə onda. Azad bazardan çıxdı deşiyə. Azad ticarət sərbəst piyasa. Azad bazar sərbəst tamam, piyasa. çıxdı deşiyə də yəni necə ki məsələn mənə zərər vursa siz deyə bilməzsiniz ki bu mənim iqtisadıma zərər vurur. Azad piyasa yoxdur. Biz azadıq da, bizim tacirlərimiz azad da alış-veriş eləməkdə. Düşmən tanımladığınız dövlətlərə qarşı hangi stratejiləri və siyasətləri götürəcəksiniz? Biz hər ölkə kimi bizim əmniyyət sistemimiz olacaqdır. Müntə əmniyyət sistemimiz fəqət olar ki biganədir, ölkəmizə, torpaqlarımıza olağan üstündə olacaq. Heç umanda xalqımızın üstündə əmniyyət sistemimiz olmayacaq. Heç umanda olmayacaqdır. Heç umanda. Necə ki, Avropada, Almanda, Kanadada, heç birində yoxdur. İnsanlar azaddır. Dövlət eləyə bilməz öz əmniyyətin baskısını yaradır insanın üstünə. Buna icazə verməyəcək, dağıldacaq. O sistem ittilatı biz dağıldacaq. Ölkəmizdə də azadlıq sistemi hər insanımız ölkəmizin... Avropadan xəbər gəlir ki, bu günləri filan qədir adam tutdular, bu gün terörist tutdular. Siz deyirsiniz, o orada əmniyyət şeyləri yoxdur. Teröristlər ki tutulur, biganə teröristdir da. Biganədir, düzdür. Adamların tutdur, vətəndaşın tutdur. Mən bilməm, siz deyirsiniz. Mən təzə eşidirəm bunu. Mən Almanda görməmişəm birini tutarlar terörist ünvanında. Almanlı niyə deyib terörist olur? Onlar ki, müsəlmandırlar, gedirlər, oturarlar, Alman pasportu alırlar uşaqlıqdan. O Almanlıdır. O da Alman pasportu daşır, gedir Suriye'ye gəlir, o Almanlıdır, gedir orada teröristə qaçır, o Alman xalqıdır. Tamam. Bəhsə girməyəcəm, mən fəqət sualları soruşacağım. Mən də osu deyim. Hangi dövlətləri və millətləri dost dövlət və millət tanırsınız? Biz dünya millətlərini Atatürk'ümüzün sözü var. Yurduda sülh, cəhanda sülh. Qutuldu. Biz dünya ölkələri özümüzə dostlandıq. Heç birinə düşmən dəyirik. Düşmən görmük. Çünki o əsasda istəyik dövlət yaradıq. Çox sadə. Demişdiniz ki, İran'ı düşmən bilirsiniz ama yadınızdan qalmayacaq ki. İran dağılacaq gedədə. Hangi özelliklərlə, yəni hangi xüsusiyyat ha farsça deyirlər, bir dövləti dost, birin düşmən tanırsınız. Birində rəqib. Hangi ilə bu üç dananı dost, düşmən, rəqib. Bunları nədir bir-birindən ayırt edirsiniz? Baxın, mən belə deyim. Biz o ölkələr ki, biz dövlətimizi yaradandan sonra o ölkələr ki, bizim əsaslarımızı qəbul edəcəklər, bizimlə alış-veriş edəcəklər, onlar hamısı bizim dostumuz olacaqlar. O ölkələr ki, bizim əsaslarımızı qəbul eləməsələr, biz onlarla irtibatımız olmayacaq təbiətən. Onları neyniyəcək? Onlar bizim düşmənimiz də deyil, dostumuz da deyil. Düşmənimiz də deyil, dostumuz da deyil. Rəqib də yoxdur. Rəqib də yoxdur. Yox, rəqib. Biz o heç kəslə rəqabət eləmirik. Bizim xalqımız öz qazancı, haradadır o işi görəcək. Xalq bu işi görəcək, biz yox. Siyasətmədən kimdir ki, gələ xalqa təsirini tutar? Tamam. Bugün bağışla mən. Bugün Azərbaycanın sərmayədarları dağıtdıqda paylaşdı. Mən də səfərimdə də var. Azərbaycanın böyük kapitalistlər Azərbaycandadır. Dünyanın ikinci, üçüncü kapitalistlərində sövrüləniblər. Bunlar bizim əzizlərimizdir, bunlar bizim insanlarımızdır. Bunlar sabah gələcək ölkəmizin içində ticarət xanalar açacaqlar, fabriklər yaradacaqlar. Bunlar dünya insanlarıdırlar. Dünya dostudurlar bunlar. Biz nə dünya dostu olmayaq? Alış-verişdə qazanacaq. Sizdən 3 dənə kəlmə soruşacağım. Bu 3 dənə kəlməni dana soruşacağım. Dana bunlardan nə düşünürsünüz onu deyin. Düşmən yanı nə? Düşmən odur ki, bizim mülkümüzə, torpağımıza təcavüz edir. Kapitalizmə əl atar. Sərvətimizə əl atar. Dost nədir? Dost odur
ki, bizim hüquqları qəbul elə, özdə o aynı hüququ götürür. Özündə aynı hüququn sahibi olan. Rəqib nədir? Rəqib odur ki, bizim şirkətlərlə bərabər tolidləri olacaqdır. Xalqımızın şirkətlərlə bərabər tolidləri olacaqdır. Bizim şirkətlərimizin qədər keyfiyyətləri yuxarı ola, qiymətləri münasib ola ki, onun üstünə keçələr. Rəqib oldu. Ondan sonra başqa rəqib yoxdur. Dövlət, heç bir dövləti özümüzə rəqib görmür. İndi bu günləri, yəni hələfədən Azərbaycanı müstəqil eləməmişsiniz. Bir dənə orada İran var. Siyasi bir varlıq var. Düşmən tanıdığınız millətlər və dövlətlər. Farsları millət tanırsınız, düşmən tanırsınız dost, farslar. Farsları. Fars xalqı bugün əgər elə bilsə, bu dövlətçi var başlarının üstündə, bundan qutulsalar, elə bilsələr bir modern sistem yaradırlar, bizim düşmənimizlərdir. Yox, indi bu günləri... İndi bugün bizim düşmənimizdir. İndi bizim düşmənimizdir. Tamam. Çünki niyə? Demək yox, dediz yoxdur. Düşmən tanıdığınız millətlər, yəni farslar məsələn, erməniləri misal vurdunuz bu şəraitdə, Rusiyanı misal vurdunuz, dövlətin ehtimalən vurdunuz, bilmirəm, millətin də vurdunuz ya yox. Millətlər və dövlətlərlə, təşkilatlarla, hətta təşkilatlar mümkün bir təşkilatlı düşmən tanıyasınız. Məsələn, paniralistləri. Məsələn, bir yerə gəlmək imkanınız varmı? Sualı bir də deyim. Düşmən tanıdığınız millətlər və dövlətlər ya təşkilatlar, bunlarla bir yerə gəlmək, müzakirə eləmək imkanınız varmı? Baxın, bizim inancımız öz xalqımızadır. Biz əgər eləyə bilsək, qadir olsaq, xalqımızı öz dalımızda çəkər, heç bir kəslə, heç bir başqa xalqla, heç bir başqa dövlətlə, heç bir qaynayla oturub biz müzakirə başında danışmayacaq ki, dövlətimizi yaradıq ya yox. Biz dövlətimizi yaradacaq, yaradandan sonra oturacaq biz müzakirə. Tamam. Siz təşkilatda Güney Azərbaycanın siyasi təşkilatların, yəni sizin öz təşkilatınız daha istiqlalçıları, federalçıları, İrançıları, nə bilim filanları da, hər nə var ki orada. Onları düşmən görürsünüz, dost görürsünüz, rəqib görürsünüz. Olar ki, İran dövlətinin sistemini qəbul edirlər. Olar ki, İran dövlətinin sisteminin içində istilahı apararlar, xudmuxtarlıq yaradırlar. Rejim əvəz edirlər ki, amma dövlət yerində qalır. Deyirlər, rejimi istiq dəyişək. Rejim yəni hakimiyyət siyasi. Sən hakimiyyət, olar ki, istəyir hakimiyyət siyasi dağıldalar. Fəqət dövlətlər deyirlər, olan yeri elə Mücahid xalqın yanındadır, olan yeri elə Fədai Tudeynin yanındadır. Biz olan yanında yer almanıq. Yəni nədir yer almaq? Onlar xalqımızın düşmənləri oldular. Tamam. Getiririk bu bəhsi də burada tutaraq, getiririk əsasnaməzə. Sizin əsasnaməz və demokrasiya, əsasnaməzdə olan demokrasiya. Sizin təşkilatın yazılı əsasnaməsi varmı? Var. Təşkilatın əsasnaməsi ələnidirmi? Açıq. Mən onu ki qoymuşam, o ələnidir, amma əslisini yox. Qoymayacaq belə. Sizin əsasnaməniz türklərin və Güney Azərbaycanlıların oxumasına açıqdırmı? Dediniz yox. Bizim əsasnaməmizdə məsələ budur ki, bizim Azərbaycanımızın xalqı çoxunluğu türkdür, hər kəs bilir. Təbiətən mədrəsələrdə açılacaq çoxunluq. Onu soruşmadım. O suala gələcəm. Sizin əsasnaməniz türklərin və Güney Azərbaycanlıların oxumasına açıqdırmı? 100%. Dediniz birini qoymayacaq, açıq qoymayacaq ələni. O da idi. Orası nə idi? Nəmlə oxumağını. Əsasnamənin bizim əsasnamə yox, indi yox. İndi bu mərhələdə yox. Açıq. Bu mərhələdə yox. Açıq bu mərhələ mübarizə əsasnaməsidir biz qoymuşuq ortaya. Tamam. Bu mərhələdə yox. Biz mübarizə əsasnaməmizi qoymayacaq işə. Biz ona görə, yəni baxın, bir söz deyim. İndi məsələn siz necə koronanı misal vurdunuz? Bir dənə istirahı şəraitdir də, düzdür. Biz indi o istirahı şəraitin içindəyik. Bundan çıxandan sonra elə birinci işimiz o əsasnaməni ortaya qoymaqdır. Tamam. Sizin təşkilat indiki aşamada demokratik bir təşkilat mıdır? Biz buna inanırıq ki, tozih verim ya deyim elə. Deyil, müstəqim deyil. Tozih də verə bilirlər. Sonra əgər lazım olsa soruşarım. Demokratik. Necə bir demokratikdir?
ki demokratik ki, əsasnaməsi açıq olmayacaq, demokratik ki, içində seçim olmayacaq, bir dakika, insanlar da tanımayacaqlar. Necə bir demokratik olur? demokratikdir ki, içində o hukukçu hakimdir üstünə insan özgürlüğüdür. İnsan özgürlüğü odur ki, sabahlan biz seçim qoyduq, əvvəlin işi ki görəcəklər, məni buradan atacaqlar işi. Sabahdan demokratik deyil də yəni. Sabahcan da elə demokratikdir. Bu cür gedik. O Baxın, şəxsdir ki bizim bunun içimizdə. adı qoyaq ki, burada Komandin Səltanətdən də oturub, Xameneyi oturub başda, o şəxsdir Xameneyi ki, oturub başda bir demokratikdir. Xameneyi demokratik ola bilərmi? biz Xameneyi ilə mən müqayisə olamaq olar bizi. Müqayisə edə biləsən. Həman işi görürsünüz də, o işi görmürsünüz. Həman işi görmürsən də, Yox. səni değişmək olmur ki, səni değişmək olmur. Xameneyi ələn, Xumeyni Xameneyi ələn mübarizə apardı. Gizli apardı. Cənabınızı değiştirmək olmur ki, siz orada oturmuşsunuz, vilayət mütəqi fərqli bir şeysiniz də. Siz məndən deyirsiniz ki, o içindəki zat daha tökəşiyə. Mən də deyəm, eləyə bilməm tökəm. Mən də deyəm, eləyə bilməm tökəm. Onu bizimcə olar ki, bu təşkilatın üyəsi olur. Hiç deyil də, qurtuldu getdi. Zorla mən qəbul edib bu təşkilata üyə olar. Deyirsən demokratikdə. Nə bilməsin, demokratik yox ki, mən sabahlar sizi götürə biləm, özüm orada. Deyir ki, mən hazıyam bu təşkilatla fəaliyyət edən, bilirəm sən nə deyirsən. Deyirsən ki, hər kəs ki, canından doğub, gəlir, istəyir, ələni eləyə, gəlsin mənim yerimə otur. Təbii ki, faşistlər də bunu deyirdilər ki, biz səlah deyil bəzi işləri açaq. İranda da deyirdilər, Xameneyi də bunu deyir ki, indi səlah deyil. Nə məsələ də, hər nəsə üzdədir. Hər zat üzdədir. Tamam. Xumeyninin biqanə casus olmağı üstədir. O zaman da üstədir. Mübarizə, gizli mübarizə yəni anlamı budur. Onlar ki, bilməyiblər, bugün bizim milli hərəkət niyə bu vəziyyətə qalmışıq? Çünki bizim hərəkətimiz açıq düşmənin əlindədir. Hər nəsə istəyir, hər kəs istəyir tutur. Biz elə bilməmişik xalqımızın içində gizli təşkilatımızı yaradaq. Xalq bir nəfər zindanı oldu, 50.000 nəfər birdən töküldü zindan qabağına. Bilməyə dövlət məhsul töküldülər. Tamam. Təşəkkür. Sizin təşkilat demokratik ölkə və dövlət qurmaya necə baxır? Əlbəttə olar. O zaman ki bizim eləyə bildik xalqla müstəqim birə-bir irtibatımızı qoyaq. Necə rəhmətlik Məhəmməd Əhməd Rəsulzadə dövlətin ayı bir ölkədə qoydu, sırası çətdir. Niyə qoymuyor? Qoya bilirik. O yerdə ki təşkilatımız bir xalqın içindədir. Müsəlləh olmuşuq, hazırlanmışıq. Hətta mən təzə bir yazımda da qoydum, üstə bunu materialadık ki, bugün bizim xalqımız gərək silahlarını da evdə gizlədə hazır olar. Çünki onu soruşmuram. Sualım budur. Sizin təşkilat demokratik ölkə və dövlət qurmanı necə düşünür? Gərək yaratdı. Sizin nəzərdə demokratik nəmən olmalıdır? Yəni o dövlət ki zehninizdə var, Güney Azərbaycan müstəqil oldu. İstəyirsə bir demokratik dövlət var. O dövlət, o demokratik dövlət qurma düşünürsünüz Güney Azərbaycanda. Baxın, çox ölkələr var. Adı demokratiklər, amma onlar demokratikdir, məsələn Yunan kimi. Yaxşı. Amma insan hüquqları üstünlüyü yoxdur biləndə. Diqqət elə. Biz o demokratik dövləti ki istəyirik, insan hüquqları rabitəsində demokratik bir dövlətik. Biz istəmirik xalqımızın malına, mülkünə sahib çıxaq, kapitalına sahib çıxaq. O kapital xalqımızındır. Ona görə elə bir dövlət istəyirik yaradaq ki, xalqımızın kapitalı tökə bank mərkəzində uşaqlarımızın, gələcək nəsillərimizin hamısı o puldan istifadə ilə yaşamaqlarındır. Tamam. Sizin təşkilat demokrasi sözü və demokratik bir sistemi, bu iki qalanı ayrı-ayrı deyirsiniz soruşum. Necə tərif? Demokrasi sizin nəzərinizə nədir? Baxın, demokrasi tək başına saxta siyasi dövlətdir. Demokrasi tək başına dövlət sistemi deyil. Əgər o ölkələrdəki demokrasidən yetişirlər azadlığa, ədalətə, onlar hamısı şikəst yeməkdədirlər, onlar hamısı bugün buhran iqtisadinin içində yaşırlar. Yox, baş tapmadım. Tərif edeyim mənə. Tərif. Demokrasi yəni ki, farsça. Türkçə. Demokrasi nə demək? Demokrasi odur ki, mən belə deyim, bax, demokrasi, 3 cür demokrasi var. Hansı mən sizə? O demokrasinin ki, sizin demokrasi nədir? Bizim demokrasimiz budur ki, qüvvətlər ayrılığı demokrasimizdə, yəni hökumət ki yaradacağıq, hökumətimiz, o Cümhuriyyət Xalq Demokrasinin mənası nədir? Demokrasinin mənası nədir? Qüvvətlər ayrılığı
şəffaflıq, seçim azadlığı, amma qüvvətlər ayrılığı əsasdır. Qüvvətlər ayrılığı olmasa demokrasinin məfhumu yoxdur. Var ha, var demokrasi məfhumu, amma dəyəri qalmır. Tamam. Məsələn, Türkiyəmizdə demokrasi var. Hakimdir da demokrasi. Amma ged içəridə xalq acından ölür. Demokratik sistem yanı nə mənə? Demokratik sistem yəni o ki, partiyalar azad olalar, fəaliyyət elərlər, hökuməti ələ keçirtməyə azad olarlar. Demokratikin işi yoxdur. Azadlıq, ədalət, istimada var ya yox. Demokratik bundan işi yoxdur. Məsələ buradadır. Demokratik olmaq Türkiyə bir demokratik dövlətdir. Niyə? Çünki içində hizblər azad fəaliyyət edirlər, təbliğatlarını aparırlar, müxalif, müvafiq, hamısı azad fəaliyyətini edir. Hər hansıda hökumətə yetişdi, dövlətin içində azadlıq, ədalət fəqət dövlətlə hökumətə var. Xalqa yoxdur. Qutuldu. Sizcə demokrasi sistemi Güney Azərbaycana nə zaman gəlməli ya neçə mərhələ və aşamadan sonra gəlməlidir? Demokrasi sistemi əvvəldən başlamalıdır gəlməyə. Elə ki, biz dövlətimizin əsas, dövləti ki yaratdıq, bəyaniyyə azadlığımızı verdik eşiyə, şurayı dövlətimizi ki yaratdıq dövlət sistemini, o anayasasını ki qoyduq, sisteminin 5 dənə sistemin məhdudəsini müşəxəs elədik. Onun rabitəsində bilafasılə seçimə getməliyik və seçimdə demokrasi cümhuriyyətimiz o seçimə dayanaraq, o azadlığın əsasına dayanaraq, yəni demokrasi təmsil eləyəcəkdir azadlıq fəlsəfəsinin cəmaətin içində. Azadlığın təmsilcisi olacaq. Nümayəndəsi də, azadlığın nümayəndəsi dövlətin içində, xalqımızın içində bu olacaq. Niyə? Çünki bizim şüarımız azadlıq, ədalət, xalq hökumətidir. Tamam. Hükümet, milli hükümet. Milli hükümet fəqət demokrasi, modern demokrasi olar. Modern demokrasi odur ki, insan haqları 3 qüvvə ayı olar. 3 qüvvənin ayı olmağı önəmi buradadır ki, heç bir qüvvə bir-birinə dixalət eləməyəcək. Hakim partiya ki, hökuməti alır əlinə, müxalif partiya, hakim partiyanın daimən yanında kontrolçusu olacaq. Hər nə eləsə, xalqımıza müstəqim göstərəcək. Xalqımız da pluralizm təşkilatıya dayanacaqdır. Yəni təşkilatlarımız əgər istəyirlər demokrasimizdə olalar, gərək balaca məntəqədən 200 min nəfər bölgədən gələcək. Oradan seçim tutacaq şəhərlərimizdə. Hər bölgəmizdə, hər şəhərlərimiz 200 minə bölünəcəkdir. Oradan nümayəndə millət vəkili çıxacaq, oradan şəhər idarəsi çıxacaq, oradan məclis istina çıxacaq, oradan hər zat o 200 min nəfərdən başlayacaq. Üstə bu cür şəhər zatlara gəlib, şəhər şuralarını, şəhər məclislərini yazacaqsa və o məclislərdir ki, gedəcək bizim əyalətim, yəni mərkəz dövlətimizə. Tamam. Və mərkəz dövlətimiz o cür. Düşmənlərlə savaş çağında, yəni deyək ki, indi istiqlal, savaş yox da, istiqlalda gətirib deməyəcəklər, buyurun, bu Əlbəttə. tükandan gəldiniz, aldınız, buyurun. O düşmənlərlə savaş çağında istiqlalı alıb, istiqlalı və əmniyyəti qoruma çabasında milli hakimiyyəti ya dövləti, milli dövləti qurmaq zamanında və milli hakimiyyəti iç və dış düşmənlərdən müdafiə ya qorumaq çağında demokratik təşkilat olmalı mı? Demokratik təşkilat hər zaman olmalıdır, olacaqdır. Hər zaman olacaq, savaşda da olacaqdır. Amma çünki bir dənə istirarı bir səviyyəyə giyirik. O istirarı səviyyədə olar ki, o şurayı rəhbərini düzəldiblər, dövləti yaratmağa, onlar ölkənin hidayətini, hər zadını əl alacaqlar. Xalq da onlara tabi olacaqdır. Bu zaman, siz bu zamanda, yəni o savaş zamanı istiqlalın şeyində gedir o zamanda. Siz bu zamanda demokratik dövlət və sistem qurmaya necə baxırsınız? Əsas məsələ budur ki, biz o zamanda xalqımıza bir etimadı verir ki, olar ki, sənin aydınlarındır, sənin insanlarındır, bunlara inan, bunlar səni aparla demokratikliğə, sənin nəzərini alırlar. Əgər istəsək biz xalqımızın hərəkəti, İçdə düşmən var, içdə düşmənin adamları var, qrupları var, təşkilatları. Biz bir hərəkət, nə qədər düşmən içində olursun, biz bir dənə bəyaniyəmizlə, xalqımız eşiyə töküldü, cavab verdi, yəni bizi təyid edibdir. Qutuldu getdi.
Xalq siz bizim bir müəyyən ediblər, hərəkət. demokrasi nədir olacaq? Orada indi bu savaşlar demokrasi qura biləcəksiniz, Biz yəni baxa bilirsiniz. əlbəttə quracağıq. Əlbəttə quracaq. Məhəmməd Əmbəy Rəsulzadə necə qurdu? Savaşda dövləti yaratdı. Əlbəttə quracaq. Dalada oturmayacaq. Sizcə Çünki biz dövlətimizi rəsmiyyətə yetişməliyik, demokrasi ilə bərabər rəsmiyyətinə yetirməliyik və onu səbt eləməliyik dünya dövlətlərinin içində və savaşımızda olsaq da o demokrasimiz təhcə hədəfinədir. Xalqı mütşəkkil edəcək düşmənin üstünə yoxsamaq. tamam. Sizcə demokrasi öncəliyi olmalıdır, yoxsa milli dövlətçilik? Milli dövlətçiliyin məfhumu yoxdur. Milli dövlətçiliyin heç məfhumu yoxdur. Yəni nə demək milli dövlətçilik? Milli dövlətçilik yəni bu ki, sənin insanların, sənin mənabə təbiin, sənin milli sərvətin hamısı dövlətin əlində olar. Yəni bu, onda olar milli dövlət yəni nə demək? Siz nə düşünürsünüz milli Biz dövlət? milli dövləti bu cür düşünək. Milli dövlətin anlamı bizə budur. Dövlətin sistemini yaratdıq, azadlıq fəlsəfəsinin əsasında dayandı. Xalq demokrasiya dayanır. Xalq demokrasiyasını mənimsədiyi zaman, yəni dövlətin sistemi mənimsəyibdir. Mənimsəyib. Amma o dövlət ki, heç güc yoxdur əlində. Güc xalqın əlindədir. Çünki xalq pluralizmi təşkilatıya dayanaraq təşkilatların üyəsi olub xalq. Niyə? Çünki xalq bilir ki, İndi sizcə bu sözümdə bir kələm qoy, bu kələməmi deyim. Buyurun. Çünki xalqımız bunu biləcək ki, bu pluralizm təşkilata niyə üyə olur? Çünki pul qazanır. Pul qazanmağı görəcək. Görəcək ki, pul özünündür. Görəcək torpaq özünündür. Sərvət özünündür. Görəcək gələcəyə qarantiya alıb. Ona görə. Tamam. Sizcə demokrasi, bəs bir də bunu soruşuram yəni. Sizcə demokrasi öncəlikli olmalıdır, yoxsa milli dövlət? Demokrasi saxtarı siyasi dövlətdir. Modern dövlətimizin saxtımanı demokrasidir. Modern dövlətimizin saxtımanı demokrasidir. Bunların ikisi bir-birindən ayrı deyil. Əgər bunlar bir-birindən ayrı eləsək, xalqımızdan qopmuşuq yəni. İkisi də biləmcə çox möhkəm, yəni biri olmasa, baxın, demokrasi olmasa, dövlət azadlığı da dərdə dəyməz. Dövlət azadlığını da saxlayanmaz. Dövlət dağılır, dövlət gedə böyük bir vəhşi kapitalist olar. Vəhşi kapitalist olar. Kafidir, vəzirlərin əlinin birinə milyon pul dəyər. Alışveriş eləyəndə 2 milyon əlinə pul düşür, 3 milyon cibinə pul gedə. Qutuldu getdi, o dövlət ölübdür. İran dövlətinin tayı. Demokrasi tətil ola bilərmi? Nə mənə? Tətil? Yox. Ha. Yox, ola bilməz. Heç şəraitdə. Heç bir şəraitdə. Çünki demokrasi bilirsiniz nəyə təmsil edəcək? Demokrasinin təmsilçisi Rəis Cümhurdur. Rəis Cümhur zəng şəraitdə tək başına təsmin tutacaqdır. Bilirsiniz? Tək başına şuurla, uyduyla, zadla biləxə yazılacaq da. Amma rəhbərlik Rəis Cümhurun əlində olacaqdır. Şu ətrafında insanlar olacaq, məşvərət edəcək, amma əslində nəhayət sözü Rəis Cümhur edəcək. Bu demokrasimizdir. Hangi şərtlər və durumlarda demokrasi tətil ola bilər? Təhcə o şəraitdə demokrasi tətil ola bilər ki, dövlət içində dağılmış olar. Dövlət vəhşi kapitalistə çevrilir. Dövlət ola, milli dövlət kimi adı yapışdılar özünə, yapışdı deyəmən milli dövlətəm, millətin malına, mülkünə, milli sərvətinə deyə məncə alan, məncə əsləhət olur deyil, məncə bombatomum olar. Onda olur milli dövlət, İran dövlət də milli dövlətdir, bilirsiniz. Onda nə olur? Molla Xamenei kimin adamlar çıxar isimizdə? Biz milli dövlət yoxumuzdur. Hangi şərtlər və durumlarda demokrasi tətil ola bilər dediniz ki, heç vaxt. Heç vaxt. Çünki demokrasinin təmsilçisi Rəis Cümhurdur. Rəis Cümhur da seçən xalqımızdır. O şəraitdə ki, bağışlayacaq bir dəqiqə. O şəraitdə ki, hətta Zatda da gəldi qabağa, Avropada da gəldi. Rəis Cümhur tək başına bu şəraitdə, çox zətdə tək başına təsmin edilər. Məclis təsmin tutdu, amma çünki şərait xas bir şəraitdir. Rəis Cümhur qadir idi, məclisin sözlərini də ləğv etdi. Yəni demokrasi tətil oldu da? Yox, demokrasi seçib Rəis Cümhuru.
Demokrasi bu qüdrəti rəis-cümhura verir ki, zəng şərait olsa sən mühafizət elə, biz də sənin yanındayıq. Size göre, yani sizin partiye göre demokrasi sistemdir ya devlettir ya demokrasi bir düşüncedir ya demokrasi bir yaşam tərzidir ya da bir idare yol yöntemidir. Demokrasi saxta siyasi dövlətdir. Tamam. Bir devlet sistemidir. Tamam. Buradan da geçiyoruz sizin üyeler sistemine. Sizin təşkilata kimler hangi şərtlər əsasında üzv ola bilər? Hər kəs istəsə bizim təşkilata üzv ola bilər. Hər kəs. Heç fərqi yoxdur. Ancaq ideoloji, liberalizmin ideolojisinin, fəlsəfi siyasetin. Baxın, bizim 3 dənə əsasdan yaranır. Bir dənə fəlsəfi ictimaimiz var, həmin fəlsəfi siyasi. Bir dənə fəlsəfi iqtisadımız vardı. Bir də zadımız vardı, ideolojimiz vardı. İdeoloji. Bunların üçünü qəbul edən insan, yəni araşdırıb, mənimsəyib, tamamən qəbul edib, bu bizim təşkilatımızın üyəsidir. İndi hangi şərtlərdə qəbul edirsiniz? Yəni şərtiniz nədir bu adamlara? Heç şərti çox sadədir. Yəni hər kəs ki üyə olur, özü eşikdə öz səmpatlığını isbat etməlidir xalqa. Keçib eşikdə davamlı fəaliyyətini eləyəcəkdir, davamlı seminarlarda, davamlı konferanslara yola salacaqdır, təxəssüs. Yox, məsələn deyək da, yəni məsələn 18 yaş olmaq bir şərtidir ya yox. Əlbəttə. Erkek xanım olmaq, qadın olmaq heç fərqi yoxdur. Heç fərqi yoxdur bizə. Güney Azərbaycanlı, İranlı. Bizim İranlı, Güney Azərbaycanlımız yoxdur. Nə mənə varızdır? Azərbaycanlı varmız. Çox sadə. İranlı, Güney Azərbaycan nə mənə? Türkiyəli sizin Türkiye partiye üzv ola bilər mi? Bəli, yox. Türkiyəli sizin partiye üzv ola bilər mi? Türkiyəli o zaman bizim için üyəsi ola bilər ki, əgər bizim ölkəmizdə iki qanunluq keçsə, yəni iki pasportluq keçsə. Partidən sözlərdir. Partidə onlar elə bilərlər yollarlar. Məsələsi yoxdur. Bizim məsələmizdə bir dənə liberal demokrat Fars sizdə üzv ola bilər mi? Elə bilər onlar. Tamam. Üzvlərin yüksəlməsi necə və hangi şərtlərə bağlıdır? Partidə üzvlər yüksələ bilər mi? Hamısı. Hər kəs öz bilgisini qoyacaq ortaya, düşüncəsini qoyacaq ideolojisindən ortaya, onu aparacaq qabağa, opsilə rəqabətə keçəcəkdir, açıq və net rəqabətimiz olacaqdır və çox rahat seçimlər gedəcəklər. Hər kəs elə bilər, kandid olar. Hətta 18 yaşında adam da elə bilər rəhbərliyinə, liderliyinə kandid olar. Hangi zamanda? Bu şəraitdəki olmaz. O zaman? Bu şəraitdə olar. Biz bu şəraitdə bir dənə seçim geçirsək, bir nəfər içimizdən bir dənə casus çıxsa nə oldu? Hamısı öldü, getdi, nə edəcək? Bunun vəbalını kimin boynuna atacaq? Tamam. Sizin üzvlərin, indi əlbəttə üzv də alınmışsınız da, onda belə olur ki, siz üzv də alınmışsınız. Üzv alıyıq. Amma üzvlərin təlimi var. Onlar başqa söhbətlərdir. Onlar burada eləməyik. Harada yəni eləməzsiniz? Nədir? Eşikdə eləməyik onlar. Ha, tamam. Hangi sahələrdə və konularda üzvlərinizə təlim verirsiniz? Biz təlimi, mən heç kəsə təlim verən adam deyirəm. Hər kəs öz təlimini götürər. O insan ki, gəlir liberalizmi alır əlinə, öz yolunu tutacaq, özü nəticəsinin ideolojisini tapmalıdır. Məndən təcrübələrimdən istifadə eləyə bilərlər, amma mən heç kəsə təlim verməm. Çünki biz uşaq yetişdirmək özümüzə. Tamam. Təlim sisteminiz hangi zamandan başlayır və hangi mərhələdə qutarır? Dediniz təlim sistemimiz yoxdur. Təlim sistemi deyəndə olar ki, bizə üyə olalar, özləri araşdırmaqlarını qəşəng bilirlər, harada araşdıracaqlar. Çünki liberalı alıblar əllərinə. Bunu araşdırıb və özlərini yetişdirərlər. Amma əgər bir mühit yaranar ki, azadlıq zadımız olar, biz də əlbəttə Allahımızdandır. Türkiyədə azadlıq olsun az. Biz mütməyin olaq ki, bizim qüvvələrimizin canı xətərdə deyil. Türkiyədə 100 dənə mədəsi xilas yola sallıq biz. Sizin təşkilatın içində
təşkilatının içində təşviq və cəza sistemi varmı? Təşviq və cəza sistemi o təşkilatlarda olalar ki, ideolojilərini qəbul eləməyib. Məsələn, bizim təşkilatımıza üyədir də, tərəf mən ki, zorundan icra edər ki, mənim təşkilatıma üyə ola. Hə? Hər kəs də deyir mənim. Mən də mənim deyəm, o pis də mənim deyəm. Mənim təşkilatıma zorundan ki, üyə olmurdu. Öz istədiyi üçün olub da. O zaman ki, burada insan haqları üstündür, ona da üstündür, mənə də üstündür, qəbul edirik ikimiz də. Sizin təşkilatınıza üzv oldum. 2 ildən sonra dedi ki, mənim, məsələn, bir dənə məmuriyyət verdiniz, o məmuriyyətə deyib, getmirəm. Getməsin. Moğliyyət yoxdur, ya da getməsin. Ya dedi, filan üsulu qəbul eləmirəm. Neynəyəcəksin? Haqqı vardır. Haqqı vardır. Əgər xoş sevməyim, yerini, rütbəsini sevməyim, əlbəttə haqqı vardır. Müraciət elə seçmə. Sizin təşkilatın içində seçim varmı? Dediniz yoxdur da. Əsas seçim nə? Axı, bir dəqiqə mən dedim yoxdur, eşikdə yoxdur. Biz öz seçimimizi içəridə eləmiş qutuluq. Öz seçim lazım olsa, mən demişəm içəridə hər zaman biri qadir olsa, istəsə mənim yerimdə otura, hazır olsa, davamlı bu hərəkət ki, mən aparım. Yəni, daimən müşəxəs zamanda bərnaməni aparsın. Daimən liberal demokrat, yəni təmsilçisi olaraq səhnədə özünü göstərsin. Lazım olsa təşkilatlar birliğində də üzv olsun. Hər nəminə ki, məsləhət bizsə özü qadir olacaq deyə. Çünki biz başkanlıq sisteminə də inanırıq. Amerika Birləşmiş Dövlətlərində başkanlıq sistemi gedir. Yəni nə mənə? Yəni bu şəraitdə o şəxsdir ki, bu məsələni alır, özü qadir olacaq ki, təsmin tutar. Yanlış da getsə, öz yanlışıdır və təşkilat biləsinə deyəcək ki, bu hərəkətin iştirak bunu geri al. Məsələn, o bayrağı ki, Filistin bayrağına bənzir, mən ona inanırdım əvvəl. Dedilər, onu ateşlə. O bizimki deyil, o Azərbaycanı təcziyə edir. Mən də onların sözlərinə qulaq asıb çoxlu zat apardım və gördüm doğrudur, həqiqətən də oturdu, qoyduq qağa. Yoxsa mən geçmişdə də siz baxsaq, bizim loqolarda o Filistin bayrağına bənzər bayrağı qoymuşduq. Sizin təşkilatda uzmanlığa, həmən təxəssüsə necə baxılır? Əsas təşkilatımızın məsələsi təxəssüsünə gedir. Məsələn, biz burada o zaman ki, bizim fəlsəfi iqtisadımız var. O ki, ekonomist burada oturmalıdır. O ki, bir dənə yuxarı səviyyədə universitəni qutarıb ilumi insanlar, o mənim yerimdə burada oturmalıdır. Mən yox. Çox net deyirəm bunu. Sizin təşkilatda ləyaqətə necə baxılır? Bilirsiniz, ləyaqət tərifi fərqli bir məsələdir. Ləyaqət var, modern dövlət sisteminə baxıq. Ləyaqət var, üstdən gələn əşyağıyadır məsələn. Tərəf çox ləyaqətlidir, rəhbər olur, ondan sonra rəhbər gəlir, onu seçir, bunu seçir, filan edir. Layiq adamları rəhbər seçir, qoyur təşkilatını o öz büyüzünə. Biz o modeli əslən istəmənik. O model bizim modelimiz deyil. Ləyaqət burada odur ki, hər insan öz bilgisinlə, öz fəaliyyətinlə, öz əməyinlə özünü çəkər yuxarı. O ləyaqətdir. Tamam. İndi ləyaqəti necə ölçürsünüz onda? Ləyaqət o bizə onu göstərdi ki, bir insan necə fəaliyyəti apardığı zaman xalqın içində, nə qədər özünü xalqın içində bunu qəbul ediblər. Nə qədər bu xalqımızın içində qəbul olan insan olsa, bu onun ləyaqətini göstərdir. Tamam. Geçirik bu bəhsi də burada tutaraq, keçək rant bəhsini. Rantın mənası nədir? Siz rant kəlməsini eşidəndə mənim ağzımdan çıxır rant. Nə gəlir zehninizə? Zehninizə nə gəlir? Rant mənim birinci dəfə eşidəndə bu nə zehnimdə gəlir ki, bir dənə fərz elə bir partiya, hakim partiyadır. Özünü saxlamaq üçün özünə insanlar yetişdirir. O insanlara imkan yaradır. O insanlar bazar imkanı yaradır, sərvət imkanı yaradır. O insanlar böyüyürlər, gelirlər, hər kəs bir televizyon sahibi olurlar. Çünki milyardlar pul əlində var da. O televizyonlar hamısı bu hizb hakiminin olur. Bunun adı rantıdır. Və o hakimiyyət eləyə bilir 20 il qala iş üstünə.
Və adı açı da müşəxəs deyək indi burada da Türkiyə dövlətinin siyasi hakimiyyəti 20 ildir qalıb və tamam televizyonların əksərində sahab çıxıb randbazlığınla, pul yetişdirməklə. Və dinciləri də burada dinciləri yetişdiyi dalda ideolojiyə, öz ideolojisinə dayanaraq insan pərvəriş verir. Mən bayaq da dedim, biz heç insanı pərvəriş vermənik. O öz ideolojisinə dayanaraq insan pərvəriş verir, yəni özdən uşaq böyüdür ki, hər şəraitdə o bunun dalı boşalmır. Bizə rant bu gəlir. Sizin təşkilatda ranta necə baxılır? Bizim təşkilatda rant yeyilməz. Hüquq yeyilməz. İnsan əxlaqı yeyilməz. Rantbazlıq yeyilməz. Mən gələm, deyəm, mən başqanam indi məsələm, liderəm məsələm, filan kəs mənim yerimə gəlsin. Deyərlər, sən kimsən ki, bizə deyirsən. Mərif elə, deyirəm, mən bunu qutuldu. İndi o da zamanlar hamısı ola ki, ya da ola təslim tutaq. Sən haqqın yoxdur, ondan sonra dalda ayı bir işlət aparırsan bu adamın qabağında. Bir dənə rant var, birdən də ləyaqət var. Bunları bir-birindən necə ayrılırsınız partiyanın içində? Rantla ləyaqəti fərqi bizə buradadır ki, biz məsələn ehtiyacımız yoxdur rant yaratmağa. Heç ehtiyacımız yoxdur. Çünki biz buna inanırıq ki, dövlətimizin heç zadı əlində olmayacaq, dövlətimizin fəqət əlində olduğu hüququ olacaqdır, həddi hüdudu olacaqdır. Mənlə, bizim hizbimizin də həddi hüdudu olacaqdır. Bizim içimizdə liyaqətli insan öz bilgisinə dayanaraq gələcək qabağa. Öz kapitalı zehnidir, əlidir, məğzidir, öz fəaliyyətinlə özünü göstərəcəkdir səhnədə. Ki, göstərəcək mənim səhnədə liyaqətim var, gedəm oturum liderlik səltənətində və oradan da hizbi rəhbərlik eləyəm hakimiyyəti almağa ideolojimin üstündə və oradan da gedəm rəis cümhurluq səndəlində oturum. Məsələ. Bu liyaqətdir. Mən cənabınızdan soruşum ki, rantıdan zehninizə nə gəlir? İndi bilə soruşum. Rantı tərif edin. Rant biri budur ki, rantı tərif edək. Rant budur ki, havadarların yığışı səni dəstək verir. Sən güclənəsən. Sən meydanın içindəsən. Mübarizə meydanın içindəsən. Başqa hizblərlə, zatlarla, hopslərlə. Rant əslində budur. Xalq, havadarlar, pluralizm təşkilatıya dayanaq, gəlirlər sənin dalında möhkəm dururlar, səni dəstəklirlər, ciblərindən pul qoyurlar, sənin ixtiyarında hizblər sərmayə quzarlıq elə, hizb güclənsin, hər yerdə dəftər açırlar bilərsən, hər yerdə işlər görürlər. Bu getsin qabağa. Bu əsas rantın tərifidir bizim başımızda. Amma əgər rantbazlığa geçək, bu fərqli bir nöqtədir. Rantbazlıq nədir onda? Rantbazlıq odur ki, mən üçün rəis hizbəm məsələn, rəisim, lideriyəm, gələm gedəm deyəm filan kəs, sən bir həftə burada qal, sonra sən gəl mənim müavinim ol. Buna da rantbazlıq deyək. Rant hangi şəraitdə və hangi sistemdə ortaya çıxar? Ya rant sisteminə dönüşər? Mən dedim, rant eləyə bilər, hər iki sistemdə də var. Həm modern dövlət sistemində var məsələsində, həm də bursunda. Modern dövlət sistemində ölkənin qabağa getməyinə görə işləyir hizblər. Hizblər ölkənin qabağına getməyinə görə işləyirlər. Sərvətə, sərmayənin çoxalmağına yolunda hərəkət edirlər. Xalqın sərvəti, sərmayəsi çoxalmaq yolunda. Bu birisi tərəfdə, dalı qalmış ölkələrdə rant buna sahə işləyir ki, bir insanı gücləndirsinlər. Bir insanı rəhbərlik həddini ecəsinə qozasına görə sonrası onun rabitəsində milyonlar pul ciblərinə düşür. Məsələ budur. Onlar ki, o işi görürlər, təhcə bir hədəf var. Hökumətə, siyasətə, düşüncələr budur ki, mən bu dövləti keçirdim hələ, indi İran dövlətinin əlindədir Azərbaycanda, Güney Azərbaycan. Milyardlar, trilyardlar pul aparır, trilyardlar dolar pulumuzu aparır indiyəcən. Bu da hizblərdir. Düşünür ki, yaxşı, biz niyə aparmayaq? Biz elə hizbi düzəldək, ölkənin dövlətini düzəldək, adın milli dövləti oluq, adın tüyçülük qoyuruq. Bunun içində cəmaətə deyərək demokrasi yaratdıq.
azaddır, fəaliyyətdə hizblər azaddır. Amma hizblər ki, rəhbər oldu, bütün sərvət, milli sərvət hamısı hədsiz, hüdudsuz bu vəzir vizarətxanalarımızın əlində olacaq. Yəni nə mənə? Baxın görün nə olar da. Həmin, indi məsələn, həmin adam ki, dedik Türkiyədə bugün dünyanın neçənci adamı olub. Həmin adam ki, rəsmində heç zad yox idi. Təşkilatın içində ləyaqətləri necə və hansı standartlar əsasında ölçüblər? Ləyaqətdə əsas dünya standartları var bir dənə. Dünyanın bir standartları var özünə görə. Və bu dünyanın standartları əsasən modern dövlətlərin standartlarıdır. Nələrdir? Nələrdir? Sayın. Məsələn, insan haqları, məsələn, bir dənə uşaq haqlarını, məsələn, bir dənə yeməklərin tarix qoyurlar. Geçmiş tarix, gəlmiş tarix. Biz adı ki, istəyirsən alırsan, tarix quzarı edirlər. Bunlar hamısı modern ölkələrin işidir, nəticəsidir. Burada yaranır, o buna baxın. Dedim ki, ləyaqətləri hansı standartlarla ölçürlər? Cənabınız orada oturmuşsunuz, özünüzə bir standartlar qoymusunuz. 1, 2, 3, 4, 5, mən liderəm. Hər kəs bu 5 dənə olsa, hər kəs bu 5 dənə olsa, onlar lider. Hər kəsin 4 dənə olsa, onlar mavin. Hər kəsin 3 dənəsi olsa, onlar münşi. Hər kəsin 2 dənəsi olsa, onlar məsələn komitə mərkəzi. Hər kəsin bir dənə olsa, onlar üyə məsələn. Bunlar nədir? Biz, bunu da dedim, biz o zamanlar ki ölkəmizin içinə geçdik. Yəni seçimə geçdik, həqiqi seçimə. Eşikdə gedən seçimlər indi qalıb nə cür seçim ola? Fəallar ki, nə qədər sənin hizbin üyəsi ola? Buna qalıb. Bir hizbin 50 min nəfər, 100 min nəfər üyəsi var eşikdə. Məsələn deyək. Bizim hansı hizbimizin 100 min üyəsi vardı Amerikada ya İngilistanda? İngilistanda 3 milyon görsən 200-500 min nəfər tökülü yaşayır. 300-400 min İranlı tökülü yaşayır. Onların yarısından çox Azərbaycanlıdır. Biz onlara sahib çıxa bilmişik, yox. Biz burada seçim, əgər standart nəzərimizdə tutaq, Yenə də sualları soruşub, Sizin təşkilatda standartlar ləyaqəti necə ölçür? Dedik ki, siz cənabınız 5 dənə şey sayılmışsınız. Tamam. Standart bizə o zat ki, dünya səviyyəsində tanınmış hüquqlar, insan haqlarıdır. Dahi? İnsan haqları üstün hüquqdur. Ondan üstün yoxdur da. Ondan sonra ayrı yoxdur. Yox, ləyaqəti necə ölçür? Ləyaqət də bunun içindədir. Sən necə bu insan haqlarına dayanaraq xalqın içinə girəcəksən? Necə bu insan haqlarını aparırsan xalqın içinə? Necə xalqa girsən, göstərsən ki, sənin bir kapitalın var. Sən bir mütəxəssislə bir dənə ləyaqətli adamı nə cür ayırd edəcəksiniz? Baxın, eləyə bilər bir insan mütəxəssis ola. Yuxarı səviyyədə mütəxəssis ola. Və qadri olmayan xalqın içində zəd edir. Amma həm o insan da əgər istəyir ki, təşkilatın içində gələ təşkilatın başqanlığını edir, gənə də qadirdir. Niyə? Otur seçim var da, seçimdə teorilərin qoyur qabağa. Teori var da ortada. Teorilərin qoyur, projesini qoyur qabağa. Deyim, mən bu projenin aparırım. O projeni orada bizim üyələr qəbul elərlər, onu başqan elərlər. Eləməzlər, eləyə bilməzlər. Yəni, liyaqəti yoxdur başqan orada. Qutuldu getdi. Sənə zada rəbti yoxdur ki, mədiyyəki. Tüm mədiyyəki var, gəl oturur burada. Elə bir söhbət yoxdur. Əcəb, sizin təşkilatda standartlar hamı üzvlər üçün standartdır, yoxsa bəzi üzvlərə üstünlük nəzərdə tutulur? Heç kəs, hamıya bildim. Hamının hüququmuz sağlanacaq. Standart hamının şamildir. Mənə də şamil olan, o adam ki, təzə üyə olur, ona da şamildir. Aynı zatda. Heç fərq yoxdur. İndi ailə və əqraba üzvlərinin bir təşkilatda olmasını rang sisteminə bağlırsınız ya yox? Yox, bağlamır. Ailə təşkilatda, yəni o ailələr isə ki, ailəcə siyasətə qatışırlar, bu çox gözəl bir zatdır. Biz bunu təqviyyət eləməliyik daha çox. Biz bunu ölkəmizin hər tərəfinə bunu aparmalıyıq ki, uşaqlarınızı gedin, danışın, yola salın, fikir verin, fikir alın.
şəxsiyyət vermirlərinə, bilsinlər ki, insanlar bir ailədə nə qədər siyasi çox olsa, bir məhəllədə elə baxın görün, 10 dənə məhəllə, 50 dənə ailə olsa, 50-si də siyasi olsa, baxın görün, bunlar nə olar? Hamısı düşünən insan orada. Hamısı düşünən insan olduğu zaman bir dənə bəyanıya versən ki, zindanı tutuldu, o məhəllənin hamısı tökülüb xiyabana. Sən Tamam. zindanın tək qalmaz, cavabsız qalmaz. Tamam. Ona görə ailələr mühümdür. Məsələn ki, dəstəcəmi, ailə, famil, hamısı gəlsin. Əgər 50 dənə famili var ki, gələcək bir təşkilatın üyəsi olar, o təşkilat hamısı insan hüquqlarının üsulları əsasında gələcək qabağa dayanaraq ideal bir şeydir. Tamam. Heç qorxmur insanlar. Acaba sizin təşkilat ailə, əqrəba və famillərdən düzəlibmi təşkil Yox. tapımı? İndi yox. Kanada sistemində bir dənə misal veririm. Hə. Kanada sistemində əgər sizin bir bakkal dükkanınız olar, orada latari satasınız. Bir dənə iqtisadi işdir də latari. Düzdür. Deyir ki, Kanada sistemində deyirlər ki, əlinizdə rant imkanı var. Düzdür. Bundan belə ki, siz təşkil çəkmişsiniz, çəkiliş də mərkəzdə olur. Düzdür. Bunun üçün sizin özünüz və ailəniz və yaxın əqrəbanız sizdən latari alamazlar. Düzdür. Bunun üçün üzr istəyirəm. Niyə? Çünki rant hesab olur. Siz bu sistemə görə rantı və özəlliklə siyasi və idari rantı necə düşünürsünüz? Baxın, bu çox doğru düzgün təslimdir. Mən buna da inanıyorum özümdə. Çünki biz bunu xalqımıza göstərməliyik ki, xalqımız da bunu bilməlidir ki, hər zat ki, şəffafcası cəmaat görə də, düzdür. Burada o zaman ki, bir gəlir, mənim öz, məsələn, qohumdan, dərəcə bir qohumum gəlir, məndən xahiş edir. O bilmir ki, dalda mən bundan nə görmüşəm. Şəffaflıq yoxdur ortada. Biz burada siyasətdə də bu cürdür. Biz siyasətdə hər zadımız, şəffaflığımız o olacaq ki, nə mənə hərəkətimizin içində çiçikdən, nöqtə çaparaq şəffafcasına bütün təşkilatımızı aşağıdan, yuxarıdan bilməlidir. Heç ünvanda dalda gedib bir dənə komisyon, bir dənə ayı biriylə qaradat bağlayıb filan kəsi yollamaq yeri yoxdur və olmayacaqdır. Bir dənə misal vurun. Bir dənə misal vurun. Sazman-ı Mücahidin xalqidə Məsud Rəcəbi arvadın çox rahatca lider edir. Bu rant hesab olur ya yox? Rantıdır, 100% rantıdır. İndi sorum gəlir sizə. Mənə. O özünə Sizdən soru soruşurum. İndi soru soruşurum. Yəni sizə ciddi bir sual gəlir. Toplumda, bizim Güney Azərbaycan toplumunda Güney Azərbaycan təşkilatlarına ailə təşkilatıdırlar deyə bir söz var. Hətta siyasi təşkilatların liderlərindən bəzisi də bu haqda danışıblar. Deyiblər ki, ailə təşkilatı filan var. Siz siyasi, idari, iqtisadi ailə təşkilatlarına necə baxırsınız indi? Baxın, mən əvvəl bunu deyim. Olar ki, bu sözü deyirlər, Güney Azərbaycan bu söz adlandı, təşkilatı, ailə təşkilatları var. Onlar hamısı geçmişdə bizim fəaliyyətimizi görə bilmədilər. Çünki biz çox güclü hərəkət etdik. Yəni, mən hələ Liberal Partiyasında deyirdim ki, onda biz CDP-dəydik, məsələn deyək. Onda biz, məsələn, cəmuqdaydıq. Biz onda həddən artıq güclü hərəkət etdik. Bütün bacı qardaşlı, filanlı, behmanlı, elə güclü hərəkət etdik. O yöndə, bu yöndə, bu. Hər kəs yürüdü, qalıydı. Bunu dağıtmaq üçün elə bir İtdə insanlar öz məqamlarını əldən verməmək üçün daş atdılar, çomur atdılar. Və ona görə gəldilər, təşkilatı dağıtdılar. O təşkilatı ki, 30 dənə, 40 dənə ölkələrdə, 34 dənə ölkədə təmsilcisi var idi, şuxluqdur. Mən inanın, heç sərtasər təşkilatların o gücü yox idi. Hər təşkilatımız da ki, o üzdə, bu üzdə vardı. Hərəsindən 15 dənə azı üzvü vardı. Cələsələrin bizə dedik. Bilirsiniz bak, çox güclü bir təşkilat. Yəni bunu əgər biz elə bilsəydik, həqiqətən doğru düzgün hidayət edə bilər, hamılıqca, bir dənə rəhbərin əlində düşməsəydi, lider bazlığa düşməsəydi, biz
Rahat deyirəm ki, Güney Azərbaycan bizim Lütfen azadlığın azı. partilere göre danışmayın. Lütfen o Peki, birisi partilere göre Kimlə danışmayın. danışmır. Öz Əslən, yəni düşüncesi. fəqət o rantbazlıq Fakat dedim, düz deyirsiz. öz düşüncesi. Fakat öz Tamam. düşüncesi. Acaba bir bunu soruştum. İndi siz benim soruma cevap vermediniz. Gedirsiniz ayrı yere sual da yaddan çıxır. Niye müstəqim danışmırsınız? Niye müstəqim cevap vermirsiniz ki? Mən müstəqim danışıram da. Qeyri Yok müstəqim. müstəqim danışmırsınız. Layiqdir da, bu layiqdir, müstəqimdir da. Qeyri müstəqim deyil ki. Yok benim sualıma cevap vermirsiniz. Amma Gedirsiniz müstəqim, sən deyirsən, mən də buradan, müstəqim cavab verirəm. buradan çöreği koymak əvəzinə buradan fırlatırsınız, getirirsiniz 4 Yox, o dəfə. buna görə, yox, o deyil. O buna görə ki, açıq danışmaq yaxşıdır. Açıq danışın ama şey Açıq, eləməyin. çox Yəni açıq. sualı cevap verin. Mən çox açıq danışmaq yaxşıdır. Bunda Güney Azərbaycan təşkilatlarına ailə təşkilatı diye bir söz yaygındır. Hatta siyasi təşkilat liderlərinin bəzisi də bu haqda söz aparmışlar və aparmışları var. Siz siyasi, idari və iqtisadi ailə təşkilatlarına necə baxırsınız? Çox yaxşıdır, olsun. Bax, Olsa olsun. Amma yox da, yox da, olsa olsun. İndi məsələn, ölkəmizin içində bir dənə təşkilat Yox, ailə. sualım. Dedik ki, rant olur axı. Rəcəbini misal vurduq ki, arvadını götürdü, qoydu üstədir. Mən də bayaqlam dedim ki, iki cür rant var. Bir İran üstündə baxasan, İran təşkilatlarının rantı deyəsən, bir də Avropa modern sistemdə rant deyəsən. Modern sistemdə rant budur ki, havadarlar sənin dalınca olar, səni gücləndirərlər. Özlərindən veri verərlər. Yəni özlərindən verərlər, intizarları da olmaz. Yox, indi məsələn, Fransa'nın indi bilmirəm ki, orada o Macron Fransa modern ölkədən, Fransa dal qalmış bir ölkədir. Zətdə modern ölkədir, amma liberalizmdən çox zətdə qıraqda qalıbdır. Tamam. Niyə? Çünki yox, həqiqətən odur. Niyə? Çünki dinçilik içində, katolik dinciliği içində var. Məsələn, geçmişdə bir dənə qanun geçdi. Ola ki, hicabları vardı. Olay eləyə bilməzlər danışqaha onsuz gedərlər. Ya məsələn, türklər haqları yoxdur öz dillərində, türkçə danışırlar və zətlarında. Bu nədir? Bu yanı bir göstərdi, bu azadlığı ayağı altına alıb da. Bu insan haqlarına inanmır da. Çox sadədir. Acaba bir təşkilatda ailə üzvləri olursa, rant əsaslı təşkilata çevrilə bilərmi? Yox. Məsələn, sizin xanım da sizin orada ola. Şurayı mərkəzidə. Sabahlar istilər lider seçələr. Düşmanım olar. Yox, onu demirəm. Sual soruşuram. Sən dedin, olsa mən də deyim, mənim birinci düşmanım olar da. İndi gəldi sabahlar dedi ki, mən məsələn, xanımız dedi ki, şurayı mərkəzdədir. Məsələn. Yox, olmaz axı. Ya oğlunuz, qızınız, oğlunuz. Biri daha fərz edirik da. Demirəm ki, baxın, yox, o bizə fərzim yoxdur mənim. Çünki həqiqətən ayağım yerdə. Tamam. Ona görə burada mən deyəm, mənim familimdən biri gələcək bu yola, o yola, yox. Tamam. Acaba bir təşkilatda ailə üzvləri olursa, standartlar hamiyə bərabər qoruna bilərmi? Hə? Niyə qorunmaz? Hüquqdur. Hüquq insan haqlarıdır. İnsan haqları bir dənə familə də şamildir da. İnsan haqları deyəndə, modern demokrasi deyəndə, o evdən başlanır əslində. Necə deyək, aşağıdan yuxarı. Burada modern demokrasi evdən başlanır. Nədən evdə? Uşağın haqqını, xanımın haqqını mühafizət eləmək üçün. Demokrasi evin içindədir. Məsələ buradadır. Oradan başlanır üstə. Tamam. Acaba bir təşkilatda ailə üzvləri olursa, yüksəlmək imkanı ailə üzvləri ilə ailə olmayan üzvlərin arasında bərabər şansı ola bilərmi? Hamısı bərabər şansı olacaq, əlbəttə. Heç bir dənə izafə payının haqqı yoxdur. Sizin təşkilatda üyələr arasında güvən sistemi necə yaranır, necə qorunur? Məsələ, mühüm məsələ budur ki, suallar içində eləmişdir. Ola hamısı bir tərəfə, bu bir tərəfə. Güvən sistemi ən güclü sistem bizim içimizdə. Liberalların içində olar, dünyada və bizim təşkilatın içində. Eqədə güvən sistemi var. Hər kəs mənə elə inanır ki, bilir ki, indi bu bormaqlar da geçsə, çünki mən tanımam olar ki, bir söz deyə bilməyəcəyim da, bundan yaxşı güvən. Çox sadədir. Əslində sizin təşkilat bildirdi ki, bəlli olmasa tüzvü var ya yoxdur. Ayşə ol. Çox adam da elə bu söz deyir. Mən də heç məsələm nədir? Ona görə də rahatım.
Çox rahatım. Niyə? Çünki bilirəm ki, əmniyyət faşizmin qabağında ən güclü zətdir. Siz bunu deyəcəksiniz, aya faşizmlə üzbəhəsiz ya yox. Əvvəl bunu deyəcəksin ki, İran dövləti faşistdir ya yox. Əgər onu faşist bilsən, onda opsi Güney Azərbaycan Milli Hərəkatını deyəcəksən, faşistin qabağında bu cür fəaliyyət eləməz. Tamam. Mən bu bölümü də qurtarıram. Geçirik yasalama şeyine, təşkilatda yasalara. Sizin təşkilat hangi qanuna dayanaraq yaranıbdır? Özgürlük qanununa, azadlıq qanununa dayanaraq yaranıb. Hardadır o qanun? İnsan azadlığıdır. Tamam. Sizin təşkilat hangi ölkə qanununa əsasən yaranıbdır? Hansı ölkənin qanununa dayanaraq yaranıbdır? Biz heç ölkənin dayanan, biz fəqət fəlsəfi siyasi candakı liberalizmin filsuflarına, liberalizmin gətirdiyi pederan bulunan quzadırlar. Dədələr ki, o liberalizmin bayan quzadırlar. Biz olan düşüncələrinə dayanıq və hətta mən necə deyəm, gəlin ki, Wikipediyada filan gedin. Kanunlara dayanmamaq üzere yaranmış bir təşkilatsınız. Yani heç bir kanuna dayanmamaq. Əsasən qanunlara biz dayanmışıq. Əsasında biz qanunlara dayanıq. Gedik qanunlar, dünya qanunlarını, modern dövlət sisteminin əsasları hamısını götürürük. Olan hamısını gətiririk içimizə. O dövlətə bağlı olmadan Azərbaycan dövləti olanda sabahları Azərbaycan dövlətinə, Azərbaycan Cumhuriyyəti qurulandan sonra hər kəs dura bilər, deyə bilər ki, mən istəyirəm partinin, Azərbaycanda qanunları qəbul eləmirəm, istəyirəm parti qururam. Hər kəs quracaqdır. Azərbaycanın qanununu qəbul eləməyəcək, siz icazə verəcəksiniz ki, parti qurulsun. Baxın, Azərbaycanda, Güney Azərbaycanda hər kəs, hər cürət düşüncə haqqı var partiyası. Azərbaycanı qəbul eləmir. Baxın, Kanadada, Azərbaycan, baxın, mən də onu deyirəm. Bugün Kanadada, Kəpkidə durub deyim, mən Kanadanı qəbul eləməm, istəyəm müstəqil olum, ailəm, azadlı fəaliyyət edik. Cəmaati qəbul idorasına yığıl. Cəmaat deyir ki, qəbul edir, ailə yox. Niyə? Çünki cəmaat biləsinə soruşur, sən mənə nə verəcəksən ki, o vermir. Azərbaycan qanunlarımız Kanadanın qanununa dayanır. Quebekus demir ki, mən Kanada qanunu ilə müxalifəm. Deyir ki, bu qanunun əsasında mən çərçivələnmişəm, bunun əsasında işləyirəm, amma istəyirəm ayrılam. Yox, xalq nə deyir? İşimiz orayla yox. Xalq deyir, yox. Mənim sualım orada deyil. Mənim sualım orada deyil. Mənim sualıma qulaq asın lütfən. Mən burada siz istədiyinizi istəmirəm ki, eşidəm. Mən sual soruşuram, onlara cavab istəyirəm. Tamam? Kanadada deyir ki, mən Kanada qanunları əsasında qurulan bir təşkilatam. Buradan getmişəm, məsələn, səbt eləmişəm. Dövlət bilir ki, mənim çarçivəm bunlardır. Mənim əsasnaməmi də bilir, məramnaməmi də bilir, ideolojimi də bilir, yol xəritəmi də bilir, hamısını bilir. Gizlim deyil. Mən istəyirəm Kanadadan ayrılan Kanadanın qanunların əsasında. Amma siz bir dənə parti qurmuşsunuz, deyirsiniz ki, mən heç dövlətin qanunun əsasında qurulmamışam. Siz hangi qanun əsasında qurulmuşsunuz? Biz özümüz deyək, insan haqları, liberal demokrasinin 5 dənə sütunu var. Onun əsasında biz dövlət yaratırıq. Xalqımız qəbul eləsə yaranacaq bu. O qanun deyil ki, qanun deyil. Qanunun bir mənası var. Baxın, hüquq dövlət sistemi qanun bir parlamandan geçər, ona mücazat qoyular. Əgər xilaf eləsəz, ya da baba, bilirəm onlardır. O təsirlizmi yoxdur. Bilirsən nə var? O yerdə ki, sənin dövlətin hüquqları müşəxəs oldu. Qanunlar ki, yazılacaq, hüquqa uyğun olmasa olmaz. Tamam, hangi hüquqa uyğundur? İnsan haqlarını. Tamam. Sizin təşkilat hangi ölkənin qanunu əsasında qurulub? Biz hansı ölkənin, niyə ki, başqa ölkələrin qanun əsasını biz görürük? Mən də onu deyirəm. Yox. Biz Güney Azərbaycana özü xalqı təsvir tutacaq, xalqı biləcək. Əcəba, sizin təşkilat bir anayasa qoyub üstə, deyək ki, mən bu anayasanı Güney Azərbaycana qoymuşam, bunun üstündə həm özüm çalışıram, həm də o birisilər də bunun üstündə çalışsınlar. Belə bir şey qoyub mu? Məsələ budadır. Yox, biz anayasaya inanmırıq. Tamam. Aynen İngilislər
kimi. İngilisdə də bir Yox. dənə ürf var. Bir dənə O ürf var. anayasa yoxdur. Anayasa yoxdur. Ürf var. Bax, Ürf. tutuldu. Tarixdən gələn, Biz də bilirik. tarixdən gələn ürf və qanunlar için təkrar olublar. Yox. Elə deyil bəy. Rad getdi məclisə, radio vurdu yerə, canlakin sistemini vurdu yerə, Elizabeth. Dedi, bundan belə bunlar dövlətimizin əsasları qutuldu getdi. Hamı rəy verdi, qəbul edərdi, qutuldu getdi. Sizin Hamısı qaldı qədimdə. Sizin təşkilat hangi ölkə qanunları əsasında çalışır? Heç ölkənin Tamam. əsasına. Sizin təşkilatın siyasətləri hangi ölkə və hangi qanunların əsasında dəyişə bilər? Bizim ölkəmizin heç bir əsası başqa bir qanun ölkələrin heç bir ölkənin qanunları əsasında yaranmır və dəyişməz. Sadəcə Partimiz ölkə yox. Aha, partimiz. Bizim partimiz sadəcə liberalizmin əsaslarını götürübdür. Ondan sonra da heç vaxt dəyişməz. Tamam. Üsullarını götürmüşük. Tamam. İdeolojik partiya. Gedirik məramnamə haqqında bir neçə sual soruşaq. Sizin təşkilatın yazılı məramnaməsi var mı? Yol xəritəniz var mı? Nə cür istiqlala əldə edəcəksiniz? Yol xəritəniz var mı? Bizim, baxın, bunlar müşəxxəsdir, bizə qutulub gedib. Biz ona görə rahat hərəkət edirik. Biz bunlar yox, varız mı? Varız mı? Yox, var. Vardı. Amma yox, eşiyyət vermirik. Sizin təşkilatın məramnaməsi millətimizin oxumasına açıq mı? Oxuyacaqdır. İndi yox. İndi yoxdur amma. İndi açıq amma deyil. Var, hazırlanıb, qutulub. Amma indi yox. İndi eşiyə verməyəcək. Tamam. Düşüncə olaraq, yəni mən də indi iddia edə bilirəm, çox üzr istəyirəm, Haşim bəy. Mən də indi iddia edə bilirəm. Bir dəqiqə. Mən iddia edə bilirəm ki, mənim bir dənə hizbim var. Adı İnsaf Əlidir. Bu hizbin 1 milyon üzvü var. Əsasnaməsi, məramnaməsi, siyasətləri də var. Amma qoymuram heç kəs bilsin. Yoxdur da, əsasında yoxdur. Düz deyirsən, qəbul edirəm sözünü. Siz bu sözdə icazə verin, mən də bir söz deyim də bəs. Çox adam mənə bu sözü dedi. Çox adam. Adapazam elə biri lap sizin yaxın dostuyuzdur. Adapazam qəşəng tanıyan insandır. Güclü insandır. Bilirsiniz kimi deyirəm. Hər sıvırır. Adın çəkin yox. Özüdür. Həmin adam bizəmdə vardı. Filan kəsi gətdi qoydu. Dedi filan kəs də olsun burada. Mən müxalifət elədim. Dedi niyə edirsən? Dedim təzə bir zat hissət yoxdur. 3-4 nəfər əllərini buladı budur. Dedi sən sizinki də elə təhsənsən də nə deyirsən? Dedim mən təkəm. Amma mənim geçmiş 30 illik geçmişi var. Bizim təşkilatın hər zaman, hər il mərasim ki geçirdim. Hamısı ortadadır. Hər zadımız ortada var. Mən elə biləm 20 illik, 29 illik hərəkəti pərvəndəsini qoyaq ortaya. Məsələ buradadır. Hər kəs bu iddiasını eləsə, davamçılığını ortaya qoyacaqdır. Davamçı olmasa, yalancı pəhlivan olar. Sizin düşüncə olaraq, hangi düşüncəni və fəlsəfəni və ideolojini mənimsəmisiniz? Düşüncə olaraq, hansı, əlbəttə, modern dövlət sisteminin fəlsəfi azadlıq fəlsəfəsini, liberalizmin azadlıq fəlsəfəsi, iqtisadi fəlsəfəsini, ondan sonra ictimai fəlsəfəsi və ideolojisini mən beğenmişim. Tamam. Sizin təşkilatın fəlsəfəsi nədir? Bir neçə cümlədə bizə deyin ki, sizin fəlsəfəz nədir? Bizim fəlsəfəmiz təcrübəcərahiyə dayanır, fəlsəfi təcrübəcərahidir. İnsanlar bütün dünyada olan hamı sisteminə görürsünüz, hər rabitədə olursa olsun, hərəsinin bir geçmişi var, hərəsinin bir təcrübəsi var. Siyasi baxımdan, teknoloji baxımdan, ehtiyacı baxımdan, hər baxımdan bu fəlsəfi təcrübədir. Hər fəlsəfi təcrübənin əsasına dayanır, gəlir və bir fərq cərayət, bir nəfərin üstünə. Mehbər bir nəfərdir, bir insandır. Fəlsəfə azadlıq fəlsəfəsidir. Dəyyat, tarix, dünya insaniyyətinin tarixi. Məramnamənizin ən önəmli konularından bir neçəsini sayın lütfen. Bizim məramnamənimizin ən mühüm məsələsindən bir, Azərbaycan torpaq, Güney Azərbaycan torpaq bütövlüğüdür.
Və bunun yanında əvvəldə insan azadlığı gələr həmişə bizim üçün də. Ən başda insanın azadlığıdır. Güney Azərbaycan dövlətinin azadlığıdır, torpaq bütövlüyüdür. Dövlətin azad olmağıdır. Dövlət azad olduğu zaman demokrasi də azad olacaqdır. Modern demokrasi olacaq. O modern demokrasi azad olduğu zaman ən mühüm məsələ burada budur ki, Magna Carta üstün hüquq üstündür. Bizim anayasamızda ki, Cumhurbaşqanımız da məhkəməyə çəkmək qabiliyyəti. Bayaqlar dediniz anayasa ilə müxalif mu? Belə bir şey eşitdim. Baxın, bunlar hamısı liberal demokrasinin 5 dənə sütunudur. Mən saydım sizə. Yox, bayaqlar dediniz anayasa ilə müxalif. Mən də sizə bir söz deyim. Bunlar 5 dənə hüquq ki var, əsas qanunlar, hamısı onların üstündə. Tamam, Nə mənə qanunlar? Baxın, bir söz deyim bilərsiniz. Burada, məsələn, qüvvəyə qəzaya bir qanun yazılır, özləri yazılır, özlərinə. Bu qüvvəyə qəzaya yazdığı qanun gərək uyğun ola o 5 dənə sütunun üstündə. Harda qüvvəyə qəzaya qanun yazır? Qüvvəyə qəzaya özünü idarə eləmə sistemini kim yazacaq qüvvəyə qəzayyanı? İngilistanda qüvvəyə qəzaya var ya yox. Kim yazır bunu? Kim yazır? Almanda var ya yox. Kim yazır bunu? Qüvvəyə qəzaya. Məclis. Məclis. Qüvvəyə qəzaya mən deyirəm. Qüvvəyə qəzaya o müqənnənə qanun ya müqənnənə qanun yazar. Müqənnənə qanun yazar. O qəzayan ola yazmaz da. Modern ölkələrdə qüvvəyə qəzaya müstəqil qüvvədir. Üçüncü, baxın, bax, demokrasiyada bir nə var dedim, qüvvətlər ayağı. Qanun yazan qüvvə, qüvvəyə müqənnənə, müstəqillik özünə, sinadır, məclis şuradır, bunlar qanun yazarlar və bir də insan haqlarının məhkəməsidir bunların baş üstündə. İnsan haqlarının hüququdur bunların baş üstündə, müqənnənəni, qüvvəyə müqənnənə. Ondan sonra onun yanında qüvvəyə qəzayətdir, müqənnəsə, qüvvə mücriyyədir, qüvvə icraidir. Burada qüvvə icrai hökumətdir, polisdir, ərteşdir. Bunlar qüvvə icraidirlər, icra eləyən qüvvələrdirlər. Baxın, bunlar da müstəqildir. Gənə də bunların aralarında üstündə insan haqları var. Üçüncü qüvvə qəzayiyyə. Qüvvə qəzayiyyə müstəqildir özünə. Yəni qüvvə müqənnənə elə bilməz. Bu mənada deyil ki, 3 dənə qüvvənin üçünün də qanunu məclis yazacaqdır. Amma bu onun işinə onun işini dixalət eləməyəcəkdir. Yəni qüvvə müdiriyyənin qanunların məclis yazar, qüvvə qəzaiyənin də qanunları məclis yazar. Onlar ondan gedərlər, bunlar da bundan gedərlər. Məclis fəqət qanunu qoyar. Deyim, o bilsən ölkələr fərq edir. O düşüncə ki var burada, bu söhbət burada, bu dövlətin sistemində ki, bu oturur, modern dövlətin sistemi oturur. Bu 3 dənə qüvvə ki yaranır, hakimiyyəti yaratır. Hər kəsin öz qanunu yazır, yəni. Bimaristonlar. Yox, buna cavab verin. Hər qüvvə öz qanununu yazır. Yox, hər qüvvə öz qanununu yazmır. Müqənnənə qanunlar ki yazır, hökumət məcbur o qanunları icra edəcəkdir. O qanunda ayağına işə qoyamaz. Qüvvəyə qəzayiyyə icra eləməyəcək. Qüvvəyə qəzayiyyə məsuldur ki, hökuməti kontrol edə, qüvvə müqənnəni kontrol edə ki, bunlar insan haqlarının ziddinə qanun yazmasınlar. Bildiniz? Məsələ buradadır. Əgər qüvvə qəzayiyyə gələ bunu kontrol eləməyə, məclis götürər, qanun yazar, o yandan gələr hökumətlə işbirliği aparar, hər zadı geçidə gəlinir. Amma burada ikisi müstəqillərlər, bu bir söz deyim. Bu qüvvələr, 3 qüvvə bir-birindən ayrı olurlar, bir-birlərini dənətləmə və dəngələmə sistemi var bunun içində. Dənətləmə, dəngələmə budur ki, daimən qüvvə qəzayiyyə bunları dənətləyəcəkdir. Daima bunları dəngələyəcək, hüquqlarını kontrol edəcəkdir və bu sorumluluq, əsas sorumluluq qüvvə qəzayiyyənin üstündədir. Və bu qüvvə qəzayiyyə müstəqildir. Görürsən, tərəf 80 yaşında, 90 yaşında ölənəcən hələ qüvvə qəzayiyyədə qalır. Keçək vətən bölümünə. Əlbəttə. Sizin təşkilat vətəni necə tanımlır, necə tərif edir? Vətən odur ki, o torpağın sahibi xalq olacaq. O da vətəndir. Güney Azərbaycan torpaqlarının hər vəcəbi o insanlarındır ki, o torpaqda yaşayırlar, xalqıdır. Azərbaycan, Güney Azərbaycan xalqıdır. Ya bütün Azərbaycan xalqı soransıyarsan, ya
Əgər biz müstəqil hökumətimizi yazsaq, Hacı, dövlətimizi özü. bəzi torpaqları var Azərbaycanın, məsələn deyək ki, Rəhli dağlar, Təbrizdə. Təbrizin qıraqlarında dağdır, şoradır, rəhlidir. Heç Orada baxın adam bir söz yaşamır, deyəcəm. ora Baxın vətən bir deyil. söz deyəcəm. Bir söz deyəcəm. Bizim torpaqlarımızın heç bir vəcəbi sahibsiz deyil. Hər vəcəbi xalqımızın sahibidir. Sahibdir xalqımız. İndi bir dəfə də bunu xülasə tərif edeyim. Vətən yanı nə mənə? Vətən yəni odur ki, insanları o torpağın sahibidir. Yəni hər insan bir dənə kapitalistdir dünyaya gələn uşaq. Kapitalist nəyə olur? Çünki sərmayəsi torpağıdır. O torpağın nə mənə gəliri oldu, resurslar ki, gələcək torpaqdan hamısı töküləcək, gələcək nəsillərin hesabına. Vətəni mənə edirsiniz, siz vətəni Mən də mənə vətənimə, edirsiniz. mənim vətənim o cür vətən olacaqdır. Hə, vətənimə tərif edirəm. Tamam, O tamam. Buyurun. vətənimdə o uşağı ki, dünyaya gəlir, həmin resurslar, həmin torpaq dədə iddia malikiyyət edilməz uşaq üstündə. Niyə? Uşaq torpaq sahibidir. Uşağın malı var bank mərkəzində. O bank dünyaya gəlindən 18 yaşınacan veriləcək özünə. Dövlətə də rəbti yoxdur. Dövlət vəzifəsi Gelin hökmlər üstündə olur. vətəni tərif edin də. Lütfən vətəni tərif edin. Vətəni təriflədim. Adam, Bizim adamların torpaqlarımız, haqlarını bilirsiniz. bütün Adamlar Güney Azərbaycanın tarixi torpaqları Quldur qıza gələndən o başına o tacı qoyandan Britaniya biləsinə aparıb 2000 oraya bağlayanda, zəncirin bağlayanda o torpaqlar ki, Azərbaycan torpaqlarıdır, mənim vətənimdir, mənim mülkiyyətimdir. 40 milyon insan bunu deyəcək. Mənim vətənimdir, mənim mülkiyyətimdir. O mülkiyyət heç kəsin deyil. Qutuldu getdi. Nə qorxuq ondan bir qram İran dövləti gəlir, oradan dəmirini aparır, İranı abad eləyə, milyardlar dolar 100 ilin içində apardı, 70 ilin içində apardı, İran hər tərəfini dəmirinlə apardı, zobahanla apardı, mənim torpağımın malını apardı, mənim malımı oğulladı. Hər kəs bunu deyəcək, mənim malımın oğulların əli kəsərək. çox uzatdınız, əslən genə bilmədim. Vətənin tərifi nədir? Xülasə Sən deyin. tərəfin çox sadə dedim, sən niyə anlamadın da, qardaşım? Mən dedim, vətən oradır ki, mənim torpağımdır. Mənim tarixi torpaqlarımın həddi, hüdudu haradır, ora mənim vətənimdir. Yox, tamam, tutuldu getdi. Mən bunu atozifim də. Uşaqların Hamı bu sözü deyir. Qulandan Bəhman, 700 kapitalistdən danışdıq, Qardaş, onlardan danışmayın ki, hamı deyir vətən. Hamı deyir vətən. Amma bir də bu vətəni verir dövlətin əlinə. Deyir dövlət də bu vətənin maliki. Biz vermək vətəni dövlətə. Tamam, siz onu tərif edin, tərifin içində gətirin nədir? Vətən dedim də. Təzəşdən de. Onu dedim də. Təzəşdən de. Təzəşdən deyim. O torpaqlar ki mənimdir. Yəni mən deyəndə 40 milyon insanındır. O torpaqlar ki bütün Azərbaycan, Güney Azərbaycan torpaqları o zamandan ki Quldur qızı oturub orada o torpaqlar ki mənimdir, sərvəti də mənimdir, o vətəndir. Tamam. Vətənin anlamı və önəmi sizin təşkilatın və üyelər üçün nədir? Elə fəqət bu sərvətində yatıb, torpağında yatıb da anlamı. Mənə. Sizin təşkilat vətən sərhədlərin, indi bunu deyin, necə tərif edir? Vətən sərhədləri bizim milli Azərbaycan torpaqlarımızdır, vətənimizindir. Yaxşı. Burada hər yaratsan ki bizim sınırlarımız var idi qabaqdan. O Pəhləvi gəlməmişdən öncə o bizə sınır sağlır. Hər nə qədər elə bizə sahib çıxacağıq, gücümüzdən nə qədər gəlsə sahib çıxacaq torpaqların namusuna. Hər kəs də bizim sınırımıza təcavüz eləsə, 40 milyon insandan sahib olacaq, üzbəyiz olacaq. Bir dənə ərteşlə, bir dənə dövlətlə üzbəyiz olmayacaq. 40 milyon insandan üzbəyiz olacaq. Bizim qardaşlarımızın hamısından, qonşu ölkələrimizin hamısından istəyəcək ki, bizim sistemi, modern sistemi görmüşük. Bunu götürsünlər ki, biz sınırlarımızı açaq bir-birimizə. Avropa kimi. Tamam. Əgər bu sistemi götürüb piyadə eləsələr qonşularımız, əlbəttə çox gözəl olacaqdır. Sizin təşkilat, vətən sərhədlərini dedik. Sizin təşkilat vətəni qorumağı necə düşünür? Vətən bizzatdır ki, qorumağı təhcə yolu budur ki, insanlar öz torpağının qazancını ciblərinə qoysalar, o dövlətin cibinə getməsə, o insanlar o dövləti elə abad elərlər. Heç 100 il qalsa dövlət abad eləyəməz. 100 il qalsa dövlət eləyəməz.
Orada bax gör necə qoyuyor torpağı. Bir nəfər casus deyə bilməz torpağına. Niyə? Kəndlisindən tutdu, şəhərləsindən tutdu, məclislərindən tutdu. Hər kəs həmin ki işin görə torpağının mühafizıdır. Bu modern dövlət sistemin əsası. Kürt var, Lorlar var, Giləklər var, Farslar var. Olsun. Bunlardan necə qoruyacaqsınız vətəni? Vətəni qorumağı necə düşünürsünüz? Əvvələn bunu deyim ki, o şimali ki siz ad apardınız, onlar hamısı Azərbaycan torpaqlarıdır. İran atlanan ölkənin dövləti dağılanda ustanlar dağılır. Ustanlar dağılanda bu qalır ortadakı qədim tarix nədir onu götürürlər. Dünya bu cürdür. Dünya sistemi belədir. Biz bunu qoymamışıq ki, Sazman Millərdə indi Güney Azərbaycan torpaqlarının həddi, hüdudu müşəxxəsdir. Sabahlam İran dövləti dağıldı. Sazman Millərdə belə bir şey müşəxxəs deyil. Hardan deyirsiniz? Vardı. İndi deyim niyə deyirəm. Hardan deyirsiniz? Bütün imperator Qacan tarixinin arşivi bax. Onu bilin, mütməyin olun. Sazman Millər o zaman yox idi ki axı. Bir dəqiqə icazəmə mən deyirəm. Qacar İmparatorluğu Güney Azərbaycana şamil olmuş ki. Baxın, bir dəqiqə, bəs bir söz deyim. Şuravi, Rusiya da Şuravi dağıldı. Rusiya nə dedi? Putin nə dedi? Dedi 106 il bundan qabaq. 106 il bundan qabaq. Azərbaycan həddi, hüdudu haradır, o bizi qəbuldur. Onda gərək Rusiya əlan, Rusiyaya verilən qismətləri verə. O dedi, Putin dedi bizə qəbuldur, demədi mənə. Dedi, biz onu icra edəcək Ermənistan üstündə. Özü dedi. Vətən üçün savaşa girər misiniz? Bu göstərməməyə, niyə bə dünya əslən heç bir qaçışmadı? Hamı durdu qıraqdan baxdı Azərbaycan Qarabağdan torpaqlarını alanda. Niyə? Çünki tarixi coğrafiyasının hamısı qəbul edir. Bunların hamısının arşivi zətdə İngilistanın dövlətində var. Amerikan dövlətində var. Hamısında bu arşivlər var. Siz arşivlərin yoxdur gücə. Arşivlərin yoxdur gücə. Arşivlər rəsmiyyətdir. Sənəd malikiyyət ölməz. Heç vaxt ölməz. Sənəd malikiyyət o zaman ölə ki, dövlət ölə. İmperator Osmanlı öldü, getdi, sənəd malikiyyəti batıl oldu. Əgər ölməsəydi qalsaydı sənəd malikiyyəti Ərəbistanda ölüb gedibdi də. Qacarda ölüb gedibdi. Ərəbistanda nəft quyusu ki olacaqdı, o Osmanlığın idi. Sənəd malikiyyəti. Sənəd İmperator Osmanlı qalardı hakimiyyət. Qulaq asın. Qacar ölüb gedibdi. Sənəd malikiyyəti sizin dediyiniz batildir. Güney Azərbaycanın nəqşələri də batildir. Hardan tapacaqsınız? İcazə verin. Qacar ölüb getmir. Biləsin, terror eləyiblər. Onun içində biganə dövlət yarandı. Və bu tarix arşivdə var. Hardan ölüb gedib də yox. Yox, biganə tarix yarandı. Fars xalqı dövlət yaratmayıb mənə. İran adında. Fars xalqı dövlət yaratmayıb. İmperator Britaniya yaratdı. Mənim torpaqlarım İmperator Britaniya hədiyyə eləyəməz ona buna. Nə deyirsiniz? Vətən üçün savaşa girər misin? 100 dəfə. 100 dəfə. Canımdan da keçən deyə. Tamam. Güney Azərbaycan. Mən İran'da vətənim yoxdur. Geçirik millət və qovum məsələsinə. Görək ki, siz nə düşünürsünüz? Mən qovuma inanmıram. Tamam, gəlirik. Bir dana soruşacaq. Etnik deyə bilərsən. Mən qovuma inanmıram. Bir dana gəlirik. Bir dəqiqə icazə buyurun. Bir dana sual soruşub, cavab verin. Geçirik o bölümə. O bölümdə 10 dana sual var. 10 dana sualı soruşacağım. Sizin təşkilatın tərifi millət sözündən nədir? Bizim təşkilatın tərifi millət sözündən budur ki, o zaman ki biz dövləti yaratmışıq, qutulub, millət sınırlarının həddini bilir, odur. Fəqət millət orada vardı. Qutuldu. Sınırların içində olan insanlar millətdir. Sınırların içində olan insanlar torpaq sahibidir. Millət dərdə, tək torpaq sahibidir. Dünya səviyyəsinə çıxanda... Millət tərif edin, milləti tərif edin. Millət tərifi budur. Bir ölkə, bir kişvər yaranar, onun dövləti olar, müşəxəs cəmiyyəti olar içində, bayrağı olar içində. Onun içində yaşayan insanlara millət deyirlər. Tamam. Şimdi bu millət ki dediniz, bunun özəllikləri nədir? Bunun özəllikləri biri budur ki, bizim millətimizin Güney
Azərbaycanlıdırlar. Azərbaycanlı sayılırlar. Hər kəs özünü Azərbaycanlı saysa, hər hansı etnikdən də olsun, Azərbaycanlı olsun, qəbulumuz o Azərbaycanlıdır. Heç kəs deyəməz ona ki, sən Azərbaycanlı deyilsən. Atanmaq deyə bilərsən. Tamam. Onlar ki, mühacir eləyiblər bizim torpaqlarımıza, onlar bizə vətəndaş deyirlər. Onlar vətəndaş deyirlər, mühacirdirlər. Onlar qayıdacaqlar öz torpaqlarına. Okay. Onlar hamısı qayıdacaq Kürdistana, Barzanın yanına. Ondan sonra vətənimizin, onlar ki bizə vətəndaşdır, hamısı onun o anayasası ki yox, mesela o dövlətinin sistemini, modern dövlət sistemini hamısı mənimsəyib və onun hüquqlarına dayanaraq öz yaşantısının əmniyyətdə saxlayacaqdır. Azaddır yəni. Heç kəs gəlib o insanın üstündə üstünlük qoya bilməyəcəkdir. Tamam. Daha da burada mühüm məsələ ki, bizlə obslərin əsas fərqi buradadır. Bu millət dövlətdən üstündür. Yəni burada dövlətdə, yəni rəisumu gələnməz, gəlib deyəməz, mən millətin sahibiyəm. Mən millətin nümayəndəsiyəm. Yox, sən millətin nümayəndəsi deyilsən. Sən orada rəisumusan, bir dənə hizbin ideoloji əsasında gəlib, sən orada 4 illik oradasan, 8 illik oradasan, ondan sonra çıxsan gelsən. Əsas hüquq dövlətin içində fərdidir. Sən bir nəfərin haqqı mühafizət eləmək sənin boynuna düşübdür. Sən vəzifən budur ki, bir nəfərin haqqı mühafizət edirsən. Qutuldu getdi. Bir nəfər 40 milyondur. İndi sən adın qoy millət, mən deyim xalq, o bir deyirsən, nə deyirsən qoy, adın nə qoysan qoy, fərq eləməz. Tamam. Sizin təşkilatda kimlərə millət deyilir? Bizim təşkilatda millət odur ki, özü öz varlığına sahib çıxar. Tamam. Bir şey əlavə eləmək istəyirsiniz, yoxsa? Öz varlığına sahib çıxar, özü dövlət yaraldar, özü dövlətini də babası olar. Yəni özü də ki, dövlətin babası olamaz, ona görə insan eləyəməz dövlətin daima mühafizə olur. Ona görə insan haqlarına vəkalət verir ki, sən insan haqları. Mənim əvəzimdən həmişə gecə gündüz mənim rəhbərimsən, otur dövlətin başçısı. Sizin təşkilatın düşüncəsi qom sözündən nədir? Qom adda bizzət yoxdur. Qom qalıbdır geçmişdə, 1400 ildə qalıbdır. Siz Azərbaycanda şəhərlərin hansında qom görürsünüz? Məyər biz Barzanı qəbiləsi. Baxın. Soru budur. Sizin düşüncəniz, bizim təşkilatımız. Sizin bizim təşkilatın. Bir dəqiqə qulaq asın. Sizin təşkilatın bu kəlmədən düşüncəsi nədir? Qom. Nə Qom düşünürsünüz? düşüncəsi budur ki, bunu fəqət fas dövləti çıxaldıbdır. Faşistlər bunu çıxaldıblar ki, bizim xalqın səviyyəsini yeniləyərlər, ortadan götürərlər və biləsin çox 1400 il insanla aparıb yapışdırırlar ki, sən o cür bir insansan, sən heç vaxt mutməddin olmayıbsan, mədəniyyətin yox, tarixin yox, coğrafiyan yox. Sən bu cür bir insansan, qovmsan. Bilərin gəlib, sən Allah yüzdən gəlibsən. Sən rəhmət eləsin. Xülasə də biləsin, məni rahat edin. Tamam. Sizin təşkilatın siyasi və ideolojik düşüncələrində qom sözü kimlərə deyilir? Qom sözü? Yox. Sizin təşkilatda. Bizim təşkilatda biz qomu, məsələn, əşirəti deyəndə ha, fərz eləyək. Qəşqayı əşirəti var idi da. Yerlə qışlığa gedirlər və illərdir bu ki, torpaqlarının çoxunu əldən veriblər. O da buna görə ki, Şiraz bulan Qəşqayı şəhridir da. Faslar ona sahib çıxmaq üçün yalandan orada təxtcəmişli qurublar da. Əgər bu xalq eləyə bilsə, o əşirətlərlə bərabər ki, var idi qədim, indi bilməm nədir, əgər onlarla bərabər eləyə bilsə, təzəşdən öz birliğini yaralda, öz torpaqlarına da sahib çıxacaq və biz Azərbaycan xalqı olaraq onların yanında savaşaq, onların azadlıqlarını almağa. Baxın, bu bizim düşüncəmizdir. Sizin təşkilatın siyasi və təşkilatın siyasi və ideolojik düşüncələrində qom sözü kimlərə deyilir? Onlar ki, əşirəti idarə olunurlar. Tamam. Qom əşirəti idarə olunurlar. Tamam. Baxın, bir belə Qəşqayıstanı qatdınız, Şirazı qatdınız, bir də fəlahət. Biraz açıqlıq gəldik da, pis oldu. Yox, pis olmadı. Şirazda pis oldu, dedik Şiraz Türk şəhridir.
Ax mən Şirazı soruşmadım Sən ki. Mənim soruşmadın, müşkülüm. amma mən Yox, siz əşirətə dedim, o əşirətə deməməlisiniz. gəldim Siz dedim. deməməlisiniz. Çünki əslində o mənim sualımdakı yoxdur. Qardaş, sən ona Vaxtımı para alırsınız. mənfi ver, amma mən dedim da. Mənim vaxtımı alırsınız. Mənim vaxtımı Yoxdur, almırsınız. vaxt qızıldır da, zərərli yox, qazanır da. Qızıldır, yox qazanmıram, əldən verirəm. Nə? Sizin bəs oldu. Sizin təşkilatda millətlər ilə qovumları hangi meyarlar və ölçülər əsasında bir-birindən ayırırsınız? Millətlərlə qovumların əsasən. Bilirsiniz nə var? Millət deyəndə etnikdən yaranır. Yəni bütün Etnik türkçəsi nədir? etnik odur ki, o insanlar ki, türkçə danışırlar, türkçü dilincə danışırlar. Bunlar bir dənə geçmişdən gəlmiş tarix qovumlardılar ki, gəlirlər ta modern dövlət, millət yaranır, Bax, bizim özümüzün ədəbiyyatımızda, mən sizə bunu deyəm, bizim türk ədəbiyyatında qovum kəlməsi yoxdur. Bizim türk ədəbiyyatında tarixdə el var, oba var, oba aşağıdadır, el üstədir, əşirə var, bunlar var. Yəni şey yoxdur ki, axı. Məsələn, elde qovum olur da. Elde deyəndə qovum olur. millətdir. Türk eli, Türk... Baxın, Türk eldilər ki, Millət indi mənasında. atıblar, ortaya atırlar ha. O zaman idi ki, modern dövlət çıxmamışdı. Dövlət yox idi. O zamandan ki, dövlət səhnəyə gəlir, millət düzəlir, millət müsabiqə etniklə. Etniklər bir şəhərdə yığışarlar, şəhəri millətdən düzəldirlər. Bilirsiniz? Bütün dünyada indi bu cürdür. Yəni, biri gəlib İranda qovum işlədi, çünki dinə bağlı qovumu atıbdır. Dinə bağlı qovumun məsələsini atıb. Nə var ki, onun altında quldurluğunu apara, biz məhsumu yoxdur. Yəni, burada el də. Onlar ki, gəlirlər el rabitəsində bizi aparırlar Türk ellərinə yapışdırırlar. Oradan da aparırlar İran türklərinə yapışdırırlar. Qulaqlarını da anlayırlar. Elə bizzət də yoxdur. Elə bizzət yoxdur. Türk elləri yoxumuzdur bizim indi. Türk milləti var. Sizin təşkilatda millət ilə qovumu hangi meyarlarla, hangi ölçülərdən bir-birindən ayrılırlar? Kim nə mənəyə olanda olur qovum, nə mənə olanda olur millət? O ölkələrdə ki, xalqlar ki, dövlət yaradıblar, millət o dövlət yaradıblar, bayraq yaradıblar özlərinə, ölkənin adını müşəxəs ediblər, bunlar millətdirlər. Bunlar millətdirlər. O torpaqlarda ki, eldilər, qovumdur yaxalırlar elə. Məsələn, Barzanı kimi əşirətdirlər. Onlar elə yenə də əşirət qaldılar. Onlar dövlət yaradılmazlar. Onlar bayraq sahibi olamazlar. Onlar ölkə sahibi olamazlar. Şimdi Azərbaycanların nə bayrağı var, nə dövləti. Nədirlər bunlar? Güney Azərbaycanın nə dövləti var, nə bayrağı. Bu da var. Bayrağı da var. Dövləti. O Güney Azərbaycanın deyil, o Kuzey Azərbaycanın. O sizin nəzərinizdə Kuzey Azərbaycan. Bu Azərbaycan bayrağıdır. Baxın. Hadi deyib Azərbaycan milləl deyəndə, Sazman milləl deyəndə, Güney Azərbaycan, İran deyə bir vahid siyasinin içində yerləşir. Və bayrağı İranın vurduğu bayraq var ha, odur. İndi bu bayrağla siz geçsəz, Sazman millələr desəz mərcbər, İran, deyərlər sən İrana niyə dixalət edirsən? Bu Azərbaycan. Bir dəqiqə dayan. Onlar ki, istirlər, bu bayrağı bizim əlimizdən alırlar. Götürərlər, Filistin Vizarəti İttilaatın yaratdığı bayrağı bizə mübarizə bayrağı edərlər. Onları danışmıram. Onları danışmıram. Sizin tərifiniz. Yox, sizin tərifiniz. Qulaq asırsınız. Mən də tərifini deyirəm. Sizin tərifiniz. Mən də elə tərifini qoyuram. Qulaq asırsınız. Sizin tərifiniz millətdən bu oldu ki, millət ibarətdir. Bir edən ki, torpağı ola, milləti ola, dövləti ola. Tamam. Mən də deyirəm ki, Azərbaycanın, Güney Azərbaycanın bayrağı da yoxdur, dövləti də yoxdur. Burada Güney Azərbaycan millət də yox. Tamam. Siz otur dediniz, tamam, mən qəbul edirəm. Mən də sizə deyirəm ki, İttihat-ı Cəmaət Şurəvi sosialisti olanda da bu bayraq var idi. Sazman millətdə səbt olunmuşdu Azərbaycan adına və dağılanda da bu bayraq yenə də ot deyəndə rəsmiyyətə də səbt olunmuşdu. Tamam. Azərbaycan, baxın,
Azərbaycan adına da Azərbaycan Şimalı olsaydı deyərdim haklısın. Bu Azərbaycan. Mən harayım? Mən Ərəbistanam, mən Azəristanam, mən də Azərbaycanam. O da bayrağımdır. Tamam. Dövlətimi də, dövlətim olmaz. Millətlər var ki, dövlətdə bayraqlar da, zatlar dövlətlər yoxdur. Siz Onlar Azərbaycana getsələr, İlham Əliyev cənabları ilə bunu danışsanız, durarlar ağızdan dişləri gedər qarnınıza. siz onu deyin, haqqınız var. Mən də elə bunu açıq qoyuram qabağa, deyirəm ki, İlham Əliyev o torpağın sahibidir indi. Mənim sahibim deyil. İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin sahibi deyil. O mənim qurucu dövlətimin babasıdır. Tamam. Onun əsasında biz bütöv Azərbaycan dövlətində yaradarıq. Seçimi də qoyuruq. İlham Əliyev qəbul eləsin, eləməsin. O sizin düşüncənizdə o vurar. Amma mən inanmıram. Tamam, anladım. Siz niyə bu negatif bir zat yaradısınız İlhamdan? Mən? İlham Əliyevdən? Ha? Ona görə ki, o orada bir dövlətin rəisidir. Mən negatiflərə O hüdudundan danışır. Mən o hüdudundan meydan siz geçsəz sazmanı bilərə bu bayrağı... Mən onun hüdudundan danışıyorum. Bir dəqiqə. Siz bu bayraqla geçsəz sazmanı bilərə deyəsə, biz hüquqi bəşərdən... Biz nə deyək sazmanı bilərə? Qulaq asın. Geçsəz desə, bizim 300 dana zindanda adamımız var, şikayət edirik. Deyərlər ki, Azərbaycan Cumhuriyyətində 300 dana sizin şikayət şeyiz var. Desəz ki, yox, deyərlər, nəyə bu bayrağı gətirmirsən? Azərbaycan dövləti vurar adamın ağzına, deyər ki, mənim burada 300 dana siyasi zindanım yoxdur. Biz bunu açıq qoymuşuq və çox da rahat bax, bu quşasına Məhəmməd Əmin Rəsulzadə qoymuşuq. Bu quşasına Səməd Əmin, Əşşaq Əhməd Ağaoğlu, bu tərəfə şəhid Qulamızı Amanlı. Bu, o Azərbaycan dövlətində yoxdur. Biz onunla gedirik, dedəm. Bildiniz? Tamam. İndi, mən qeyd edirəm, sualımı bir də soruşum. Əgər istəsəz, onu da göndərirəm, görəsiniz ki, həmişə mən danışıqlarımın zadında əvvəldə o zad iki paylaşıq, orada gəlir, gedir, orada axirdə həmişə bu bayrağımızın o nişanlarla qutarır. Tamam. Sizin təşkilatda millətlə qovumu hangi özəlliklərlə ayrılır? Dediniz, torpaq, bayraq, millət, daha nə? Sabahlam dövlətimizi yaratdıq, dövlət bunlar müşəxəs edəcəkdir. Dövlətimiz sabah. Amma indiki biz mübarizəyə, sən deyirsən, hangi bayrağı götürər? Kürtlərin torpaqları var, bayraqları var, Kürtlərin torpaqları var, bayraqları var. Yoxdur. Sən də var, mənim yoxdur. Siz deyin var. Bayraqlar. Onlar bir dənə seçim geçirdilər. Onlar bir dənə seçim geçirdi, Bazarın istiqlal seçimi. Türkiyə durdu, qıraqda baxdı. Dedi ki, bu tuasının axır gün cavablarını verəcək. Axır gün nə oldu? Çün Amerika da bilirdi, dünya da bilirdi. Lozan anlaşmasında. Bu var ki, əgər Əraqla Suriyə torpağından Kürdistan dövləti çıxa, onlar o torpaqla Türkiyə torpağı olacaq. Qaçacaq, qayıdacaq öz yerinə. Bilafasılə intixabat oldu, cavabı çıxmamışdan Barzani durdu, dedi ki, bu əyalət seçimiydi, istiqlal seçimi deyildi. Qutuldu getdi. Tamam. Siz Azərbaycanlıları... Dövlət də xəbər dedi, tamam. Amma dövlət idi, nə oldu? Bayrağı vardı, nə oldu be? Siz Azərbaycanlıları, Qəşqailəri, Türkmənləri, Ərəbləri, Bəluçları, Kürdləri qovum hesab edirsiniz, yoxsa millət? Biz Qəşqailəri millət hesab edirik, Kürdlər millət olanmazlar. Kürdlər hər hansı, indi İran dağılanda istəsələr faizlə gedələr, amma elə bilməzlər Azərbaycan torpaqlarına aparırlar. Amma fərz elək faslarla gedələr. O xalqın, İran xalqının, İran faslarının xalqının içində atılırlar. O birisi də Əraq zatlarının içində. Türkmənlər necə? Türkmənlər zaten Azərbaycanlıdırlar onlar. Ərəblər? Onlar dövlətdirlər. Millətdir. Ərəblər müstəqil dövlətlərini yarada bilərlər. Əlbəttə, öz sahib Bəluçlar? Millətdir. Bəluçlar da o dövlətlər və torpaqları var özlərinin. Tamam. Siz Farsları millət görürsünüz, yoxsa qovum? Yoxsa Farsların və Farslığın başqa bir anlamı var sizin için? Farslıq mənim anlamda bu cürdür ki, vücudu xarici yox idi 100 il bundan öncə.
və özləri də rəsmən indi qoyublar ortaya ki, bizim nə tariximiz var, nə geçmişimiz var. Özləri rəsmən bunu ortaya qoyublar, daha açıq, daha hər kəs görür, siz də görürsünüz də. Bunlar özlərini o bilməyəndə mən nə deyəcəm, bunlara nə deyim, bunlar millətdir. Hə? Şəhərlər müşəxxəsdir. Mən sizdən O evlərdə soruşdum. dövlət yaradırlar və onların bu gücləri də var dövlət yaratmağa. Milyardlar çəkiblər yuxarıya. O şahı, o opozisiyonu, bu hökuməti milyardlar çəkiblər dalar və indi həmin projəni Baş tapmadım. Farslar millətdir, yoxsa nədir? farslar hazırdırlar ki, millət olmağa. Millət deyirlər genelde. Yox, indi millətlərlər. Millət olmağa Tamam. hazırdırlar. Tamam. Farsların vətəni var mı? Vallahi istəyər istəməyək indi olub da üçün dedi Rəfsəncandan tutdu, Keymandan tutdu, Sircandan tutub indi onlar Farsistan hesab oldu. İstəyər istəməyək. Sizcə Azərbaycanlılar, Qəşqailər, Türkmənlər Türkdülər, yoxsa başqa bir kimliklər var? Bunlar hamısı Türkdür. Türk. Aha, bu bəhsi də burada bitiririk. Getiririk milli mənafe bəhsinə. Tamam. Ehtimal verirəm ki, mənim bir 10 dəqiqə zat vəstim var, amma sorular var. Deyirsiniz bu 10 dəqiqəni də davam verək, hə? Sual var, suallar ilə, suası ilə də. Ha, dedim bəlkə sual gəlib biləz. Xeyr. Milli mənafe bölümünə getiririk. Milli kəlməsi, milli qavramından siz nə düşünürsünüz, nə anlırsınız? Milli kəlmə bizim baxışımızdan bu cürdür. O zaman ki, millət, xalq özü öz torpaqlarının sahibi oldu, bu millidir. Onun dövləti xalq yaradar. O sifətlər ki, dövlətə xalq verir, dövlət o həddə qalar. Xalq istər dövlət, hüquq dövləti olar. Heç zad Dövləti soruşmuram, amma dövləti sonra soruşacağım. Mən də elə onu deyəm. Milli qavram, milli sözü nə deməkdir? Milli qavram mən də elə onu deyəm bənim də. Deyəm yəni biz o zaman ki, xalqımız özü öz dövlətini yaradar, özü öz torpağının sahibi olar, o milli məsələdir. Bu millidir. Milli. Torpaq da millidir. Yəni xalqındır. Milli olanda da xalq bu cür olur ki, sərvəti tökülür bir ayrı bir hesaba. O hesab davamlı orada qalır şişir. Eynən Fənland kimin, eynən Norveç kimin, dövlətin haqqı yoxdur, hökumətin haqqı yoxdur, onun bir qanun əldə ya. O pul qədər çox şişib orada. İndi Norveçlə Fənland kağız veriblər işə. Daha bundan belə biz milli mənabimizdən, təbiimizdən nəsə götürməyəcək. Bizim 100 illik gəliyimiz əlimizdə var ki, 100 il sonrası da insanlarımıza xərcin verə bilirik. Qıraq gedək ora. Qıraq gedək. Məsələn, orada da biz belə bir ölkə istəyik yaradıq. Gördün sənə də xoş gəldi, üzün güldü bax. Bu pozitiv bir neçdir. Nədən bu cür olmuyor? Milli mənafe və çıxarları necə tərif edirsiniz? Milli mənafe yəni nə mənə? Milli mənafe çıxarlar biz hamısı bunda tərif edirik. Liberalizmin fəlsəfi ictimaisində və fəlsəfi iqtisadisində tərif edirik buna. Fəlsəfi iqtisadçısı bunu deyir ki, hər insan dünyaya gələndə o torpaq ki, onun üstündə yaşır, malikiyyətləri bulaydı. Bir, anadan, atadan qalan sərvət bunun malikiyyətidir. İki, böyüdüyü zaman, o çalışdığı zaman, işlədiyi zaman o sərvət bunun sərvətidir. Üç, o sərvət ki, gəlirlərindən satılır, torpaqlarının gəlirlərindən satılır, o da bunun sərvətidir. Dörd, torpaqlar bunun sərvətidir. Yəni, hər insan ki, Güney Azərbaycanda dünyaya gəlir, bir dənə kapitalistdir. Şəxsin mən indi bir dənə kapitalistəm, sən də bir kapitalistsin. İndi xoşun gəlir. Milli mənafe fəqət odur, yəni? Milli mənafe yəni odur. Fəqət budur. Bundan sonra bir mənfum yoxdur. Tamam. Niyə milli mənafe budur? Çünki bu sərvət, xalqın sərvəti olduğu zaman xalq deyir, mənim əmniyyətimi dövlət yarat. Bu əmniyyəti yaratmağa bir belə biləyən imkan verir. O imkanlar seçimlərdə verir biləsinə. Seçimdən seçimə verir. O ağ çək verməz biləsinə. Hər zaman deyir, mənə bir belə pul ver, bir belə pul ver. O söhbət yoxdur. Bir dənə verirlər, o sistemi qurar, ondan sonra deyir, haqqın yoxdur, mənim bank mərkəzimin bir qanun əldə etsin, qutuldu getdi. Milli çıxarlardan vaz geçər misiniz? Mən şəxsi çıxarlarımdan heç vaxt vazgeçməyəcəm. 40 milyon insan da heç vaxt vazgeçməz. O insanlar o pulun qazancını ciplərində gördüyü zaman,
Okay. O insanlar ki o pulun kazancını ciplərində gördüğü zaman nə edirlər? Ondan vazgeçmezlər. O pul gedir, eşdeşliği alır mesela $500 fərzən. O çıxırlar gəlir, pullar ki pul üstünə yığışır. Atmat bunun pulunun dəyəri gedəcək davamlı yuxarı. O davamlı yuxarı getdikcə bu niyə gəlsin o sərvətdən əl çəksin? Dəlidir, divanədir. Tamam. Dəli olacaq gəlir onu və dövlətin 5 dənə hizbin əlinə, 5 dənə Ruşan fikrin əlinə ki özlərinə dünyada sərvət düzəldir. Milli çıxarlardan, ya milli mənafedən hangi durumlarda, hangi şərtlərdə vazgeçərsiniz? Heç bir şəraitdə vazgeçməliyik. Heç bir şəraitdə, heç bir durumda vazgeçməliyik. Nələr milli mənafe deyil? O torpaqlar ki, mənim torpağımda milli mənafedə. Okey. Dahi. Tamam. Qutuldu. Çox sadə. Okey. Acaba milli mənafe olmayan konularda vazgeçer misiniz? Milli mənfəətdə mənim milli mənfəətim deyilər. Mənim deyildir. Mən vazgeçsəm geçməyəm mənim deyil. O zaten mənim deyildir. O zaten ki mənimdir, mən ona malikəm. Qutuldu getdi. Sizin təşkilat milli mənafeyi hangi siyasətlər ilə və necə təmin etməni düşünür? Üzr Sizin təşkilat milli mənafeyi hangi siyasətlər əsasında və necə təmin etməni düşünür? Tamam. Biz bunu fəqət təhcə yolu, bu sistemə hakim eləməyin təhcə yolu budur ki, dövlətimizin əsaslarını özgürlük bəyaniyyəsinin əsasında gətirib və özgürlük bəyaniyyəsinin əsas quraq müqənnənəmizin başı üstünə ki, birinci mərhələdə dövlətin sistemini yaratmaqda. Onlar ki, oturacaqlar, zaten eləyərlər, hamısı bunu biləcəklər ki, bu 5 dənə sütun bu dövlətin əsaslarıdır. Və bunu xalqın seçiminə qoyacaq, xalq bunu seçəcək, biz yox. Biz xalqımıza tanıtdıracaq ki, liberal demokrasi budur, bu 5 dənə sütundur, belə olacaq. Bunlar rəsmiyyətə yetişdiği zaman daha seçim. Mən baş tapmadım. Milli mənafeyin hangi siyasətlərini qoruyacaqsınız? Hansısı liberalizmin fəlsəfi siyasətinə dayanayaq. Fəlsəfi siyasi müsavidir modern dövlət. Modern dövlət müsavidir liberal demokrasi. Liberal demokrasi müsavidir bir dənə dövlət ki, demokratik bir dövlət ola, üstündə xalqın istədiyi gedə. Məhəmməd Əməzadənin demokratik xalq cümhuriyyəti, yəni insanlara azadlıq, dövlətlərə istiqlal. Yəni xalqdır ki, bu dövlətin sahabıdır. Milli çıxarlara, milli çıxarlar yolunda savaşa girər misiniz? Əlbəttə, 100% canımdan da geçərəm. Son sorumuz. Milli mənfəətdən bir neçə misal vurun. Milli mənfəətdən çox sadəsi bir məsəl vuraq. Baxın, o zaman ki, insan demokrasi evlərinin içinə girdi, demokrasi evlərinin içinə girdi, modern demokrasi evlərinin içinə girdi, uşaq, uşaqlığın yaşayacaq. Uşaq təxəyyülatınla yaşayacaq. Uşağın təxəyyülatın indi öldürürlər, onda yaşayacaq. O təxəyyüllər ki, uşaqda var, hər uşaqda var, hər insanda var. Böyüdükcə o təxəyyüllər həmin rəqabəti azadlığa olardı. Bütün dünyadakı rəqabəti azad, həmin uşaqların, o kiçik uşağın təxəyyülləridir. Gəlir yetişir, o nöqtəyə yetişir. Biz böyük işimiz budur ki, uşaqların o uşaqlığın şəxsiyyətini qoymayacaq əslində. Şəxsiyyəti, uşaqlarımızın şəxsiyyətinə sahib çıxacaq. Qız uşaqlarına, aynen oğlan uşaqları kimi kadınlar haqları ki, üstün hüquq olacaqdır zatımızda dövlətdə. Biz istəyirik, bizim hədəfimiz budur ki, dövlətimizin məclisində hər zatımızda xanım, ağa, kişi, bunlar hamısı birlikdə bu torbağa sahib çıxacaqlar. Niyə? Çünki kadınlar da qazanacaq. Çünki kadın olmayacaq ki, ev kadını ola. Ev kadını məfhumu yoxdur bizə. Rəsmiyyətlə ictimada olacaqdır. Rəsmiyyətlə gəliyi olacaqdır. Hər evin, həm qadının gəliyi olacaq, həm erkənin gəliyi olacaq, həm uşağının gəliyi olacaq. Uşaq uşaqlıqdan gəliyi olur. Diqqət eləyin. Bütçəsi, pulu var, bank mərkəzində yatıb, dövlətin vəzifəsi budur. 18 yaşına onun
pulun özünə belə Fəqət bir dana xərcləyir. dediniz da, indi yəni bir dana milli mənfəət O deyəndə da milli fəqət bir mən dana uşaq. elə onu dedim da. Onu Burada uşaq bir dana dediniz, ayrı misal da burada, bir dana da. ay misal Əcəba onu məsələn deyir. torpaq milli Ha, tamam. mənfəətdir. Ondan Əcəba sonra dövlət özü insanlar milli tamam. mənfəətdir. Əcəba İnsanlar buyurun. ondan sonra insanların hamısı hüququn müsavidə müqabilində müsavi olacaqlar. Fiqh həkimi olacaq olar. Ondan sonra imkanlardan nə mənə şans imkanları ki var, ha, hər kəs ondan istifadə eləməlidir. Hər kəs müsavi hətta elə bilə istifadə elə. Nə qədər niyaz var ondan istifadə edəcəkdir. Bu əsasdır. Bu əsasdır. Və mühümtərin məsələ burada budur ki, hər kəs bilir ki, dövlət bunun dalındadır. Dünyanın hər yerinə getsə, çox əmniyyətli gedəcəkdir. Niyə? Bir dövləti var, yaraldıb ki, o dövlət bunun canının mühafizədə hər yerində. Həm ölkənin içində, həm ölkənin eşiyində. Yəni, bizim bir insanımız avara qalmayacaq eşikdə. İmkan qoymayacaq avara qala. Niyə? Çünki sərvəti var. Öz sərvətinlə o dövlət yaraldıb ona görə. Mən sərvətim, o 40 milyon insan sərvətidir. Torpaq da əmni şey hesab olur, mənafi milli hesab olur mu? Əlbəttə, əslində torpaq sərvət odur da kapitalizm deyil. Sular mənafi millidir. Bütün hamısıdır. O zətdə ki, mənim coğrafiyamda, mənim milli mənabimdir daha. Dağ, Tamam. nə olur olsun. Mən 100 dənə umi gölü çıxaldaq biz. Biz 1000 dənə o dağlarımız ki var, hamısı turisti, hamısının təbiətin təzəşdən deyildək. Yenidən, biləsinə, həyat yaşadaq. Bunu düşünməsək, gələcək yüzülümüzü bu cür götürməsək, nə faydası var? Mən qalxım, hökumət dağıldım, dövlət dağıldım, insanlarımı ölümə verim ki, fas gəlsin, o rejim aparsın, bu bir rejim gəlsin, başlarına dəysin. Tamam, təşəkkür edirəm, çox sağ olun. İstiqlal bəhsinə yetişdik, qalsın sabaha. Tamam. Sabahları bunu aparırıq. Yavaş yola düşürəm, sənsiz. Bəli, yavaş yola gələcəm sizi, bu cür deyil. Yəni siz öz otağınızda oturursunuz, elə atınızı istədiyiniz kimi sürürsünüz, ora cür deyil. Burada qanunla gedəcəyik. Çox sağ olun. Təşəkkür edirəm. Mən də Var olun, sağ olun. Fəqət bir ləzzət deyim, 21-də, 21-i olmuyor. Bu günləri 22-sidir, 23-dür bu günləri. Bəs 26-sında olur, üzr istəyəm, 26-sında. 26-sında fəqət alınacaq bir gün. Onu şey eləyəcək, o gün yetişəndə deyəcək ki, tamam. Tüm qabaqdan deməyəm. Bəli, bəli. Arz edeyim ki, əziz və hörmətli dostlar, görülən yazılarınızı, salam və sayğılarınızı qəbul edin. Əgər salam verirsiniz, cavab vermirik. Çünki ciddi, xüsusən Haşim bəylə ciddi bir mübahisənin içində, əgər bunu təkək salam verək, fikirlər qırılar, ona görə kəsmədik, çox bağışlarsınız, sayğılarınızı, ədəblərinizi qəbul edin. Ərz edeyim xidmətinizə, bu günləri Güney Azərbaycan Liberal Demokrat Partiyası lideri ya sözcüsü Sayın Haşim bəy Bilgin cənabları ilə bəhs aparırdıq. Ərz edeyim ki, Haşim bəylə ciddi bəhsimizin sonucunda Haşim bəy bir dənə mənfi aldı. Normalda biz insanlar əgər mənfi almasalar milli ərdəmli nişanı veririk. Mənfi alanda bir dənə yenir. 2 dənə alsa gəlir olur. Bir dənə alanda gəlir olur ən ərdəmli. Bir dənə da 2 dənə əgər mənfi alsaydınız, gəlirdi olurdu ərdəmli. Ondan sonra getirdi mənfiyə. Çünki bu cür deyil, siz milli ərdəmlidən yendiniz ən ərdəmliyə. Çox doğru. Mən ərdəmliği xalqım verəcək mənə. Partilər normalda hamısının bir dənə ən ərdəmlisi var. Yəni bir dənə mənfisi hamının var. O fərq bir partinin yoxdur. Qardaş, səncə bu bir dənə hamıdan sildə yanına olsun axı. Ya xalq qoy biləmiz, milli ərdəmli tanısın da. Nə olacaq? Zəyalı var. Sağ olun, var olun. Yox, o çərçivələri müraciət eləmək üçün lazımdır. Yoxsa bu o da eləsə mən o da ki oldu, fəqət üçün mən onu da Mahmud bəyə onu mən zəbr edibləmə deməyi. Mən Mahmud bəy Bilginə zəng eləyəcəyəm, mesaj buraxacağam, cavabları olsa gələrlər, videonu göndərəcəyəm, cavabları olsa gələrlər. Yenə də təşəkkür edirəm Sayın
Haşim Bey, bildiğin Çox cənabları çox sağ olun. təşəkkür Təşəkkür edirəm. edirəm. Vallahi Bir dənə xahiş edəcəyim. Lütfən soruları göndərmişəm. Lütfən İstiqlal bölümündən 4-5 bölümü oxuyun. Çünki sabahları 4-5 bölümə cavab verəcəyik. Xahiş edirəm biraz hazır gəlin ki, mən çox sizinlə savaşmayayım. Tamam mı? axı bilirsən, mən ola oxusam SSM-lə gedəcəm Ha, imtahana o təğəllüb kimi o cür yoxdur. oxuyun, hazır gəlin. Bax, İmtahana. mən xoşum gəlmir təğəllüb. Yox, yox, xoşunuz gəlmir. Çünki burada mən məcbur oluram bir sorunu 3 dəfə soram. O məni Çünki yorur. hətta sizə mən dedim ki, açıq dedim, mən niyaz yoxdur, amma yenə də hansı Yox, şumarədə lütfən var? oxuyun. Lütfən baxın. Hansı- Xahiş edirəm. Baxın. İstiqlala şumarə? oxudum. İstiqlaladan mən sizdən soruşdum. İstiqlaldan o üzüyə bir baxın. Bir göz dolandırın. Zehniniz hazır olsun. Güclü gəlin. Mən istəmirəm burada. Allah göstərməsin. Bizim burada hədəfimiz Yox, olma bu deyil ki. Mən Bir dəqiqə qulaq asın. Bu deyil ki, bizim burada hədəfimiz bu deyil. Birini mühakimə edək. Birinə zərər yetirək. Əslən hədəf bu deyil. Hədəf budur ki, buradan bir güclü bir şey çıxsın. Bir ideoloji çıxsın. Bir fikir çıxsın. Kitab olsun. Danışgahlara getsin. Danışgahlarda bunlar referans hesab olsun. Güney Azər. Onun üçün nə qədər güclü gəlsəz, bir belə bizim başımızın ucalığıdır. Mənim başımın ucalığıdır. Azərbaycanda Əlbəttə. Çünki mən güclülüyüm zaten budur ki, fəqət biz üçün ideolojimizə dayanaraq gedirik. Aynı siz sual eləsəz, mən o ideolojimin məhvərində bu məsələni götürürəm. hazırda gəlsəz daha çox yaxşı. Tamam, niyə yox? Təşəkkür Baxarım. edirəm. Var olun, sağ olun. Əziz və hörmətli dostlar, proqram burada qurtarıb, təqribən saniyələrimiz də saymağa başlayır. Gecəz xeyrə qalsın. Sizinlə. Sabahları Təbriz vaxtı ilə saat 9-da 27 saniyəmiz qaldı. Sabahları Təbriz vaxtı ilə saat 9-da proqramı yenə başlayacağıq. Gecəz xeyrə qalsın. Sağ olun dostlar. Görüşərik. Hələlik. Hələlik. Sağ olun. Yaşasın Azərbaycan.